Selamun aleyküm ve rahmetullah. Allah'ın selamı olsun milletimize, Türk milletine, milli fəallara, azadlıq, istiqlal yolunda çalışan insanlara. Əziz və hörmətli dostlar, dünyanın hər yerində varsınız. Salamımızı, saygımızı, hörmətimizi qəbul edin. Hər zaman hangi tarixdə bu videonu görürsəniz, bizim hörmətlərimizi qəbul edin. Mən İnsaf Əli Hidayət Düşüncə Bağı adlı proqramın aparıcısıyam. Biz bu proqramda, yəni bu düşüncə bağında belə bir düşüncə ortaya qoyduq ki, düşüncə otaqların ya düşüncə bağın lazım deyil, hətmən dövlətlər maliyyələdələr gələ onun əsasında. Əlbəttə ki, o çox önəmlidir. Çünki, məsələn, bir düşüncə otağının onlar rəsmi işləyən olsa, hərəsi gündə 8 saat, 10 saat tədqiqat, araşdırma aparsalar və bunların sonucunda ciddi yollar açılar. Məsələn, seçkilər haqda əgər biz, seçkilər geçdi. Əlbəttə, seçkilər ikimizi dövrəyə çəksə, bizim 1-2 həftə vaxtımız olacaq ki, daha ciddi işləyək. Amma, indi bizim qabaqda Xameneyinin ölümü var. 6 ay sonra, 1 il sonra, 2 il sonra öləcək. Bizim neynəmağımız olar? Hangi senaryolar bizim önümüzdə var? Hər senaryoya görə biz neynəməliyik? Hər senaryonun neçə yönü var, neçə qarşı duranı var, neçə hamisi var, güclər hansıdırlar, hangi güclər, hangi senaryonun ya hangi tərəfin yanında durur və biz bunlarda nə etməliyik? Hangi senaryo bizə ən önəmlidir, ondan biraz az önəmli hangisidir, ondan daha az və ya ən az önəmli hangisidir, ya hangisindən gərək uzaq duraq? Bunları təbii ki, bir düşüncə otağımız olsa ki, bir dövlət maliyyələndirə onu, bir 50 nəfər, 30 nəfər, 40 nəfər onun üstündə çalışalar və yolu axtaralar, tapalar və onun üstündə taktiklər, təbliğat sistemi, görüşmələr, hazırlaşmalar, müqəddəmələr hazır ola, təbii ki, bu çox önəmli bir işdir. Amma mütəəssifanə indilikdə Güney Azərbaycan və Türklərin belə bir hamisi dövlət yoxdur ki, belə bir yerdə bizdən arxa dursunlar, bizə arxa dursunlar. Bu halda biz nə etməliyik? Özümüz, öz gücümüzə bağlı olaraq gəlib və düşüncələri araşdırıb ortaya bir düşüncə qoymalıyıq. Ən azından budur ki, indi görünür bizim insanlarımız içəridə İran senaryosunda, İranın seçki senaryosunda ikiyə böldülər bizi. Yəni biz istəyək, istəməyək, inanaq, inanmayaq, İran bir hava çaldı, biz də onun meydanında ya onun nəfqinə ya da biraz o üz oynadıq. Bizim bir çoxumuz milli mənafi nədir, milli çıxar nədir bunu düşünmədik, anlamadıq əslində. Və cürbəcür təriflər ortaya qoyduq. Milli mənafeyi qısa zamanlı İran içində, İranın senaryosunun içində görənlərimiz oldu. Hətta bu senaryoda mümkündür ki, şəhərlər deyə bir-birinə. Onu belə bir iddə gəldilər, dedilər ki, əsla və əbəda çıxmayın eşiyə, rahpeymalıq eləməyin, etiraz eləməyin, milli hökumət qurmayın, filan bunları dedilər. Yəni, özləri də milli tanınmış insanlardılar. Amma niyə belədir? Çünki bir düşüncə otaqları olsa, ya özləri bir düşüncə otağı yaratsalar, əlbəttə ki, bunların bir çoxu pul alırlar. Yəni, bunu bilək ki, İran dövlətindən bir iddə pul alır müstəqim, bir iddə qeyri-müstəqim imkanlar alırlar. Yəni, milli hərəkət adına çalışan insanların bir çoxu ola bilər İran dövlətinin gizli bizim içimizdə amili olsun. Həm kontrol üçün,
həm yön vermək üçün, bizə yol göstərmək üçün, o İranın ən zəif zamanında İranın yanında durmaq üçün. Bu konular üçün mən özüm bir proje tərif elədim bu otağa, Düşüncə Bağı otaq adlı otağa bir proje tərif elədim, bir layihə tərif elədim. Bu layihənin əsasında Güney Azərbaycan və İranda yaşayan türklərin siyasi partilərinin, liderlərin ya mənsubların dəvət edirik gələlər öz ideolojilərin, dünya görüşlərin, siyasətlərin nə istirlər, nə yaratmaq istirlər, nə cür o yaratmağa getmək istirlər, yol xəritələrini bunların birindən paylaşsınlar. Əslində bu sonucunda bir ideoloji çıxacaq, ya bir neçə ideoloji ortaya çıxacaq. Partiləri dəvət elədik, bir iş quralı yazdıq ki, biz bu iş quralı əsasında burada işləyəcəyik, çalışacağıq. Partiləri dəvət elədik, zamanları bəlli elədik. Hər partiyə bir həftənin içində 6 gün vaxt, hər gün 4 saata qədər zaman ayırdıq. 500 dana sual yazdıq, göndərdik və bunlardan istədik ki, gəlsinlər, bunlara cavab versinlər. Buradan Salih bəy Yıldırım cənabları Güney Azərbaycan İstiqlal Partisi tərəfindən gəlibdi. Kamil sualların hamısına 6 gün huzuri, qalanında qeyri-huzuri cavab veribdi. O 11-12 gündən 11 gün desək 10 günün ən milli ərdəmli, bir günün ərdəmli nişanını alıbdı. Əjdər bəy Təqizadə cənabları müvafiqət eləmişdilər, gələcəklər, hər şeyi qəbul eləmişdilər, gəlmədilər, hər gününə 10 mənfi, üst-üstə 60 mənfi verdik. Yunus bəy Şamili Azərbaycan Demokrat Partiyası tərəfindən 6 günün 6-sında gəldi, birində 5-ində milli ərdəmli, birində biraz aşağı ən ərdəmli unvanını qazandı. Amma bu 6 gündən sonra hələlik feylən o qalan sorulara ki, %80-i, 85-idi, hələ cavab verməyibdi. Gözləyirik ki, cavab versin. Sonra Salih Kamilani cənabları Azərbaycan Mərkəz Partisindən gəldilər. 5-6 günün 5 günün gəldilər və hər 5-ində də milli ərdəmli nişanı aldılar. Bununla belə ki, lütf edirlər və bu proqramı da Təbriz vaxtı ilə gecə saat 12 və 8-də tikrarən yayırlar televizyonlarında, Az News-da. Amma təəssüflə onlar da hələ feylən buracan o qalan sorulara cavab verməyiblər. Umaram ki, onlar da vaxt tapsınlar, cavab versinlər. Eldar Qaradağlı cənabları Güney Azərbaycan Milli Qurtuluş Partisi tərəfindən huzur tapdılar. 6 günün 6-sında hər gündə 4 saat huzur tapdılar, cavabladılar və bu günləri təmas tapdılar. Dedilər ki, bu gündən başlayacaqlar qalan sorulara da cavab indi ya səsli, ya video şəklində, ya da yazı şəklində göndərsinlər. Amma bu günləri belə bir sözə gəldilər. Məcid Cəvadi cənabları Azərbaycan Milli Direniş Təşkilatı Başqanı danışmışdıq, gəlsinlər. Bir neçə gün qabaqdan dedilər, gəlməyəcəklər. Mən də baxdım, gördüm, düzün axtarsaz, burada o həqiqəti də deyim, mən ona soruları göndərmişəm, amma iş quralını göndərməmişəm. Onun üçün nömrə vermədik Cəvad bəyə. Çünki məndə qüsur məndə olubdu. Həm əvvələn 2 həftə, 3 həftə bir vaxt dəvət eləmişik, tapmışıq, həm də o dəvətdən sonra naqis göndərmişəm. Yəni, iş quralını göndərməmişik, bilsin ki, nədir? Bunu keçən cərələsələrdə kontrol elədim, gördüm ki, məndə də təqsir var imiş, onun üçün mənfi sual vermədik. Əgər o iş qurallarında göndərmiş olsaydıq, desəydi ki, mən qəbul eləmirəm, gəlmirəm, əvvəl həm də ki, məsələn, 3-4 gün qalanda desəydi, təbiətən mənfi nömrə verərdik, amma bu işi görmədikləri üçün nömrə vermirik. Umaram da təşvik etsinlər və ya cavab versinlər. Sonra o Cavad bəy gəlməyəndən sonra biz Haşim bəy Bilgin cənablarını dəvət elədik. Haşim bəy də gəldi, usulu qəbul elədi, gəlsin. Amma əvvəl gündən bizim qurallara uymaqdan çıxdı. Yavaş-yavaş da ədəbsizlik mərhələsini keçdi. Mütəəssifanə yaxçı bir tartışma olmadı. Bununla belə ki, mənim ümidim var idi ki, azdan çoxdan bir liberal demokrasi haqqında danışsın. O fürsəti də yaratdıq. Mütəəssifanə o fürsət yaxçı dəyərləndirmədi və mən də 3-cü gün dayandırdım bu danışıqları. 2 gün oldu.
mütəəssifanə hətta deyə bilirəm ki, onların içində tohin var. Baxsaz, mən çalışdım ki, biraz daha hətta avans verim, qabağa aparım, amma təəssüflə olmadı. Yəni, neynəmək olar? Olmayandan sonra olmadı. Və bu gündən Sadıq bəy İsabəyli cənabları bu gündən təşrif gətirəcəkdir. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi mənsubudur. Qonağımız olacaq bu gündən. Umaram ki, unutmamış olsun. Çünki 1-2 gün bundan qabaq danışdıq, 3 gün bundan qabaq. Dedilər ki, hətmən gələcəklər. Mən hala gözlürəm və görmürəm. Əgər Sadıq bəy təşrif gətirmiş olsaz, lütfən mənə bir yazı yazın. Bir salam aleyküm yazın ki, mən bilim təşrif gətirmişsiniz, soruları başlayayım. Amma bu tərəfdən də mən axtarım tapım görüm ki, yadlarından çıxmış ola bilər. Bu günləri seçki var İranda, insanların biraz bunu mən özüm də yəni hətta biraz buna çox şey olmuşam, başımı bağlamışam. O önəmli, bizə önəmli, o qəd deyil ki, bu önəmlidir. Bu proje önəmlidir. Bu proje bizə çox önəmlidir. İsabəyli cənabları, tamam Sadıq bəy, mən bir buradan bir səs qoyum. Salam aleyküm Sadıq bəy, İsabəyli cənabları, əziz və hörmətli dostum, biz proqramı başlamışıq, sizi gözlürük. Zahirən, əgər yadınızdan çıxmış da olsa, yadınıza saldım. Bu günləri Təbriz vaxtı ilə saat 9-da başlayacaqdıq. Canlı yayında mən sizi gözlürəm. Mənim aydım Instagramda Hidayət _Təbrizimdir. Burada görüşək. Mən sizi burada gözlürəm. Var olun, sağ olun. Tamam, buradan da mesaj göndərdik. Umarım ki, eşitsinlər, gəlsinlər. Mən fikir edirəm ki, intixabata başları qatışıbdır. Hətmən ona görə yadlarından çıxıbdır, amma gəlir. Dostlar, bu arada bunu da əlavə edeyim ki, mən qonaq çağırdığım partilər adlarını indi bir də deyərəm xidmətlərinizə. Gözlürəm ki, qonağımız gəlsin. Adlarını da taparam buradan sizə mən ərz edərəm. İcazənizlə mən gedim bu elə tamam, buradan da onu tapıb sizə təqdim eləyəcəm. Ərz edeyim ki, Güney Azərbaycan partilərdən birini dəvət eləməmişdim hər halda. Mən deyirdim ki, Azərbaycan Demokrat Firqəsi, o milli hökuməti quran parti ya ölüb gedibdir, ya da ki, aktiv deyil. Əlbəttə bilirdim ki, bunların Bakıda ofisləri vardı, amma deyirdim ki, məsələn, bu son zamanlarda kamilən yox olublar, ya işləmirlər. Amma bilirdim ofisləri vardı, kitabxanaları vardı, muzə kimi bir yerləri var ki, mətbuat orada saxlayırlar falan. Bunu bilirdim. Ərz edeyim ki, bir yol. Amma geçən həftə dostlardan biri Azərbaycan Demokrat Firqəsi tərəfindən əlaqə bağladıq. İllər idi əlaqəmiz var idi. Mən bilmirdim ki, bu hörmətli və sayğın insan firqənin mərkəzi şurasında olur. Və dedilər ki, biz firqənin tərəfindən, firqə əlan çox aktivdir, çalışır, tarixi bir yeri vardı, əlan da çalışırıq. Bizim düşüncəmiz vardı, işimiz var, gücümüz var, çalışırıq. Və biz də istirik ki, gələk proqramda stratejimizi, fəlsəfəmizi, ideolojimizi, yol xəritəsini, Azərbaycanın keçəcəyin, gələcəyin danışaq. Çox sevindim və Azərbaycan Demokrat Firqəsi bilirsiniz, əslində Şeyx Məhəmməd Xiyabanidən öncədən başlayır. Əlbəttə Şeyx Məhəmməd Xiyabani onu gəlir Təbrizdə hökumət yaradır onun adına. Sonra da
pişəbəri aynı hizbin, aynı partinin, firqənin davamını yaradır, yenə bir hökumət yaradır və beləliklə davam edir, gəlir. Mən umaram ki, bu parti tarixi bir sabiqəsi vardı, ideolojisi daha inkişaf etmiş olsun. Hər halda görəcəyik, gələcəklər burada danışacağıq. Mütəha bunlar üçün indiyəcən qonaq çağırmışıq, vaxt vermişik. Onların hamısı gələcəkdir sonra. İndi bunlardan deyim daha təqribən 1, 2, 3, 4, 5, 6, 7 dənə 6 parti buradan danışıbdır. Güney Azərbaycan Liberal Demokrat Partisi, yəni Haşim bəy Bilgin bu dəvətlərdə yox idi. O gəlibdi 2 gün hər halda olan olmayan hər nədir xeyirli olsun. Ondan sonra da bu günlərdə 7-ci parti, yəni Sadiq İsabəyli cənabları ilə davam edəcəyik və bunlar 11 parti fikirlərim olacaqdır. Hər halda o Demokrat Parti də bunlardan sonra gələcəkdir və cavab verəcəkdir. Buradan bunu dedik. Mən hala Sayın Sadıq bəyi görmürəm. Umarım ki, İsabəyli cənabları təşrif gətirsin və danışıq. Mən səs qoydum. Əlbəttə burada internetdə də zahirən bir müşkül var. Nədənliysə görək ki, nə cür olacaqdır. Tamam, bəli, burada bir belə bir şey də burada var. Yəni burada yazılaşmışlarımız gəldi. Tamam, burada düşüncə bağı otağının əsasnaməsi göndərmişəm Sadıq İsabəyli cənablarına. Əlbəttə bunu deməliyəm ki, Əhməd bəy Obalı cənabları ilə bu haqda danışmışam. Bu cəbhənin başkanı Əhməd bəydir mən bildiyim qədər. Amma bu günləri doğrusunu biləcəyik. Və onlar da Sadıq bəyi mərif eləyiblər ki, Sadıq bəy gəlsin, danışsın. Burada indi bunun zamanı da görsətsək, orada bunlara zaman da vermişik. Soruları da göndərmişik və sorulardan sonra da bəli, burada partilərdən ərz eləyim ki, bunlar gələcəkdilər, yəni gələcəkdilər, gələnlər gəliblər. Güney Azərbaycan İstiqlal Partisi gəlibdir. Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı gələcəkdir, gəlmədi. Azərbaycan Demokrat Partisi gəldi. Ərz eləyim xidmətinizə ki, Azərbaycan Mərkəz Partisi gəldi. Güney Azərbaycan Milli Qurtuluş Partisi təşrif gətirdi. Azərbaycan Milli Dirəniş Təşkilatı təşrif gətirənmədi. Bu günləri Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Camaat Təşkilatı gələcəkdir mənsubu. Mahmud bəy Bilgin, gələn həftədən Mahmud bəy Bilgin gələcəkdir. Onlarla davam edəcəyik və son həftəmiz, əlbəttə son həftə deyil, ondan sonra Araz Ataxan cənabları gələcək idi. 1-2 həftə bundan qabaq, bəlkə 2 həftə olar, deyiblər ki, gələ bilməyəcəklər. Təbiətən bu həsb olacaqdır. Əmir Mərdani cənabları ən son partidir, dəvət elədiklərimin içində və o da Azərbaycan Öyrənci Hərəkatı Başkanı olaraq gələcəkdir. Ondan sonra biz umaram ki, Güney Azərbaycan Milli Dövlətçilik Şurası mənsublarından biri gəlsin. Ha belə Ruhullah Muradi Qəşqai, Qəşqai Azadlıq Partisi, fikrim belə adı vardı. Hər halda Qayi yazılır. Qayi Başkanı təşrif gətirsin. Mahmud Əli Tehriqani cənabları azalıb 3 ay olar, 3 aydan da çoxdur. Bəlkə deyib ki, məşvərət eləyəcək, cavab verəcəkdir. Məncə çox siyasi olaraq ədəbli deyiblər, gəlməyəcəyik.
Mən umaram gəlsinlər. Hər halda Mahmud Əli Tehriqani ciddi bir siyasi oyunçudur. Yəni siyasət meydanında istəyək, istəməyək, müxalif olaq, olmayaq bir ciddi huzuru olan bir adamdır. Mən istərəm ki, gəlsin. Hər halda və dediyim kimi Azərbaycan Demokrat Partisi firqəsi, üzr istəyirəm, Azərbaycan Demokrat firqəsi də gələcəkdir. Yəni Əmir Mərdani cənablarından sonra onların növbəsidir. Julayın 25-də yox, 26-sında biz Demokrat firqəsi ilə işə başlayacaq. Yəni bu günləri fikirlərim ayın 28-idir. Cunun 28-idir. Julayın 26-sında da firqə ilə başlayacaq. Son olacaqdır. Salamlar, saygılar Salih bəy. Xoş gördük sizi. Umaram ki, bu proqramla gedə bilək qabağa. Mən hala dostumuzu gözləyirəm. Bilmirəm ki, İsa bəyli cənabları buradadır ya yox. Mən bunu olmasa burada bir sırç eləmək imkanım var mıdır? Görürüm ki, yox, burada fəqət post eləmək imkanı var. Mən səs də qoydum. Umaram ki, təşrif gətirsinlər. Çünki demişdilər ki, gələcəklər. Özü də demişdi, buyurmuşlar. Əhməd bəy də buyurmuşlar, gələcəklər. 2-3 dəfə də bunu danışmışlar. Ən sonunda 3 gün, 4 gün bundan öncə zəng elədim, üz-üzə danışdıq. Dedilər ki, gələcəklər. Gözlürük onu. Hər halda əziz və hörmətli dostlar, bu günləri mən bir-iki dənə yazı oxudum. Bəzi milli hərəkətə mənsub olan şəxslər əslində Sipahi-Pasdaranın dili ilə danışırlar. İttilaatın dili ilə danışırlar və deyirlər ki, əsla və əbəda xiyabana gəlməyin. Etiraz eləməyin. İntixabatda çağırsalar gəlin xiyabana gəlməyin. Bir dənə milli insan necə fürsətləri əldən verə bilər? Yəni, ya gərək deyə ki, ağa, mənim tezim var və gücüm vardır, fürsəti yaradacağım. Yəni, sabahları milləti çağıracağım, xiyabana gələcək. Millət də mənim sözümə baxır. 100 min nəfər, 50 min nəfər, 1 milyon nəfər gələcək xiyabana. Ya da gərək deyə ki, mən hər fürsəti ki, düşmən yaradır ya dost yaradır. O fürsətdən istifadə edib Azərbaycanın milli mənafi üçün ən önəmli iş nədir? Onu görəcəyəm. Ən önəmli iş nədir? Budur ki, dövlətimizin qurulmasını elan edək. Məsələn, bura Güney Azərbaycan Türk Cumhuriyyəti. Onu hangi şəhərdə deyə bilsək, hətta bir saat belə bu şüarı ayaq üstü saxlaya bilsək, bayrağı apara bilsək, məsələn, bir dana radio televizyonu ələ ala bilsək və o bir saatda Güney Azərbaycanın, hətta bir partinin belə, Güney Azərbaycan demirəm, bir partinin orada bayrağı gedə üstə. Bəli, o bayraq orada gedə üstə, ya bir dana bayraq seçilmiş, məsələn, hərəkat bayrağı, məsələn, yerə bir dana qırmızı, bir parça gedə Azərbaycan adı yazılar, Güney Azərbaycan adı yazılar, bayraq amma yazılar ki, biz istiqlalımızı elan elədik, dünya dövlətlərindən istiqlal rəsmiyyətə tanısınlar, millət çıxın xiyabanlara, silahlanın, padğanlardakı olan silahları alın və dövlətinizi qoruyun, millətinizi, vətəninizi qoruyun. Bu qədər. Yəni, adam bununla kim müxalifət elər? Heç bir milli fəal bununla müxalifət eləyə bilməz və haqqı yoxdur. Yəni, ola bilər deyə İnsaf Əli Hidayət iştibah eləyir, ola bilər deyə ki, düz demir, mövqeyiyyəti bilmir, amma bununla müxalifət eləyə bilməz ki, biz yerə fürsət ələ düşəndə dövləti quraq. Ya o dövləti qurmaq üçün təşəbbüs eləyək. Yəni, gedək, dövləti quraq, bayrağı quraq, gəlsinlər, vursunlar, öldürsünlər. Bunu deyəndə biri də yenə İran ağzı ilə danışır, Sipahi-Pasdaran ittilaatın ağzı ilə danışır, deyir ki,
Siz eşikdə oturmuşsunuz, gəlin içəridə danışın. Biz də içəridən gəlmişik. Mən Amerikalı deyirəm ki, mən Fransalı deyirəm ki, mən Rus deyirəm ki, mən Güney Azərbaycanlı Qaradağ uşağıyam. Təbrizdə yekəlmişəm. O məmləkətdə böyümüşəm. Orada savaşmışam. Orada zindana düşmüşəm. Orada şikəncə olmuşam. Hətta belə bir iddia eləyim dostlar. Baxın, adam bəzən gərək bu cür şeyləri demiyor, amma iddiada bulunum. Yəni bunu deyim. Təhcə adamam ki, zindanda ola sipahi pasdaranı, polisi, hamısı müttəhəm eləmişəm. Hamısının rəsmi kağız yazmışam, şikayət eləmişəm. Dünya səviyyəsində yazmışam, şikəncələrin üstünü aşmışam. Təhcə adamam. Zindanın içində ola. Yəni biz oradan gəlmişik, bizim kökümüz oradır. Məsələn, ora bizim vətənimiz deyilmi? Biz oradan canımızı götürüb qalmışıq ki, diri qalaq. O məsələn bizə icazə verməz, haqq verməz ki, gələk vətənimizdən danışaq, vətənimizin gələcəyindən danışaq. Hər kəs bu ağzından danışır. İranın rəsmən amilidir. Ya hüquq alır, ya bilməyə xiyanət edir Azərbaycan. Azərbaycanın milli mənafeyi dövlətin qurmaqdır. Hər fürsətdə, belə dedim, bir saat üçün o bayrağı göydə saxlaya bilək. Məsələn, bir radio, televizyondan elan eləyək, dövlətimizi qurduq, bir saatdan sonra gələrlər, 100 nəfəri öldürərlər, 1000 nəfəri öldürərlər, 25 min nəfəri öldürərlər. Onun haqq, o bir saatın ərzişi o 25 min nəfərin ölümündən çoxdur. Hər kəs belə inanmırsa, millətçi deyil, vətənçi deyil, dövlətçi deyil. Mən bu cür düşünürəm. Bunu da deyirəm, bunu da dəstəkləyirəm. Bizim təhsil yolumuz buradan geçir. Yəni, oturaq orada deyək ki, açın mən içəridəyəm, sən içəridəsən, dinmə. Ən yaxşısı budur ki, qorxursan, deyən, mən dinmirəm, mən ya rəy vermirəm, ya da rəy verirəm, amma dinmirəm, eşitəki nə işim var, laqəl o sözünü desin. Niyə mən milləti iki yerə bölürəm? Biz eşitəkilər deyirik ki, içəridəkilər hər nə iş görürsələr, tamam, biz demirik, onlar xaindilər ki. Deyirik ki, ya baxın, mən xiyanəti bugün tərif elədim, dostlar. Qoyun o xiyanəti ki, bugün tərif eləmişəm, onu açsın, buradan oxuyayım, dostlar. Görün ki, mən xiyanəti yəni biz tərif eləməliyik. Xiyanət nədir? Xiyanətkar kimdir? Hər adam xain ola bilərmi? Biz gəlib bunları özümüz oturaq şey eləyək də, yəni açaq, düşünək və nə deyərlər, yolumuzu bunun üzü ilə çizək. Yoxsa elə hər kəsənin dediyi ilə olmaz ki, bir tərif verəcəksən milli hərəkətdən, milli mənafeydən, sonra da deyəcəksən ki, mən icazə ilə bunu səsimi bağlayayım. Mən deyim, yazmışam, çisik bir məqalədir. Bir nəfər istəsə oxusun, fikirəm ki, 3 dəqiqədə qutarar. 2 dəqiqədə, 3 dəqiqədə qutarar. Xəyanət deməsək də, xəyanətdir. Məqalənin adıdır. Xəyanət bilə-bilə uzun müddətli milli çıxarların tərisinə hərəkət etməkdir, məncə. Mənim tərifim budur. Demirəm ki, bu milli hərəkətin yaratdığı tərifdir. Bu məncə, bunu mən yaradıram. Nədir? Xəyanət bilə-bilə uzun müddətli milli çıxarların tərisinə hərəkət etmək deməkdir. Məncə. Kimi bilməz, kimi bunu bilməz. Yəni bir adam olar ki, bilməsin uzun müddətli mənafi nədir? Səlb olmur, əlbəttə ki, gərək edib örgəşə. Amma o biri bilməz. Biri də anlamaz, deyərsən də anlamaz. Özün vurar anlamamazlığa. Bu da ola bilər. Milli çıxarların tanımaz. Bilməz ki, nə milli çıxardır, nə də milli çıxar deyil. Bundan da səlb olur məsuliyyət. Savadı yoxdur, düşüncəsi yoxdur, eşitməyibdir, bilməyibdir, oxumayibdir, neynəsin? Bilmir. Bunda müşkülümüz yoxdur bundan. Mən bunu xiyanətə indi deyəcəyəm. Milli düşüncəsi olmaz. Bir də insanlar var, milli düşüncəsi yoxdur. Yemağının da alısı işinin də alısı gəlgedinin də alısı bunun da milli düşüncəsi yoxdur. Mən Azərbaycanlıyam, türkəm, türk musiqisini sevirəm, türk rəqsini sevirəm, türk oynamaqlarını sevirəm, tarix ənənəmiz var. Bunları düşünür, elə bu qədər. Amma milli düşüncəsi yoxdur. İranlıyam, Azərbaycanlıyam, şairlərə tayda. Məsələn, gedirlər orada Azərbaycanı satırlar.
İndi Xameneyi bir əhsən deyəcək, əhsən deməyəcək ona. Zindanda buna deyərdilər ki, adamı siqar külünə satırlar. Yəni dərdi dəyməz də bilirsiniz, siqarın külünü hamı beləsə atır yerə. Deyərdilər ki, bəzi adamlar var ki, adamı siqar gücü. Bəzi adamlar var barakəllaya satar. Məsələn, Padiganda görəsən o fərmandeh gəlibdir deyib barakəllah. O fərmandeh, o qruhun fərmandehi kef eləyir ki, məsələn, mənə dedilər barakəllah. Bir dənə barakəllah özünü satar. Beyni yıxanmış insanlar olur. Bəzi insanlar var ki, mədrəsədə, danışqahda, orada, burada dərs oxuyublar, beyinləri yıxanıbdır. Onlar İrandan sonra bir şey düşünməzlər. Özlərini Azəri bilərlər, özlərini Türk bilməzlər, Türkü düşmən bilərlər, Türkün mənafeyin, İranın mənafeyi Türklərin üstündür. Bu da beyni yıxanmış adamdır. Özün Azəri deyə yapışar gedər. Biri də manqurtlaşıbdır, dedik, o arada manqurtlaşıblar. Xiyanət üçün düşünmədən bir şeylər alar. Bir də insanlar hüquq alırlar, xiyanət edirlər. İdarə ittilatda işləyir, sifahda işləyir, bəsisdə işləyir, idarələrdə işləyir, amzuş pərvərişdə işləyir, bancda işləyir, ədliyyədə işləyir, zindanda işləyir. Bunlar hüquq alırlar. Bunların hüquq aldığı üçün xiyanət eləməkləri əslidir. Yəni bunlar əlbəttə içlərində şərəfli insanlar var. Demirəm ki, hamısı o cürdür. Amma o xiyanət eləyənlər vardı ha, onları sayırıq da. Onlar bir iddəsi pul alarlar, bir şey alarlar. Hüquqdan ya pul alarlar, ya məsələn maşallah alarlar. Balamdır, oğlumdur, hə maşallah, maşallah, mənim vətənim daşımdır, nə bilim, yaxçı İranlı sənsən, yaxçı Türk sənsən, onlar Türk deyirlər, onlar pan-türklər deyə bunlar bu cür bir şeylər. Ya da umsar ki, məsələn, mənə bir şey verəcəklər. Məni işə yazacaqlar, məni danışqaha qoyacaqlar, məni, nə bilim, qızımı, oğlumu ya özümü tutanda deyəcəklər ki, bu bir yerdə demişdi ki, məsələn, pan-türklər. Bir dana bu umsuqla Azərbaycana xiyanət edir. Ona xiyanət edərsən demək zordur. Mən bunlara, bu cür adamlara xaindilər, xiyanət edirlər deməyi zor bilirəm. Biraz mənə ağır gəlir ki, bunları da müttəhəm eləyə bilərik ya yox. Xiyanət elirlər əslində, amma dediklərim şərtlər əsasında mən bunları xain bilmirəm. Amma əslində xiyanət edirlər, amma şəraiti doğru deyil məncə. Mühakimə eləsək, məsələn, dadgah qursaq, desək ki, mühakimə eləyək, görək kim xiyanət edir, kim xiyanət edir, mən bunları xiyanətdən çıxadıram eşiyə. Deyirəm, bunlar bilmirlər. Bunların işləri bağlıdır olar, gücləri bağlıdır olar, o işləməsə uşaqlar ac qalacaq. Əlbəttə, bunlar cində yumaz günahı. Baxın, sən pul alasan ki, mən xiyanət eləyəcəyəm, bu günahı yumaz. Yəni, demirəm bu günahı yuvar. Bu xaindir, bu rəsmən pul alır, xiyanət eləyər. Amma, dedik ki, məsələn, bilmir, düşünmür da, bunu otursu deyək. Amma əgər biriləri partilərin səsini eşidir, parti liderləri, partilər gəlirlər, deyirlər, bu budur, bizim milli mənafeyimiz budur, uzun zaman budur, filandır, bunları danışırlar. Bunları eşidibdir. Bilir ki, milli mənafey nədir, vətən nədir, millət nədir, dövlət nədir, hakimiyyət nədir, yol nədir, bunları bilir. Gəlibdir, partilərin səsini eşidibdir, yazarların yazılarını görübdir, oxuyubdur, bir tanıyır yazarları. Düşünürlərin səsini eşidibdir, tanıyır, görübdür. Və bunlar da deyiblər, milli çıxarlar nədir? Mümkündür, mənlə Həsənin, Hüseynin, Kazımın, Məmmədin, Rizanın fərqi ola bilinən birimiz deyək filan şey milli mənafeydir. Biri deyək yox, o milli mənafey deyil, o birisi milli mənafeydir. Ya o az milli mənafeydir, bu çox milli mənafeydir. Biz əslində bu partilərlə bu söhbəti aparanda orada soruşuruq ki, milli mənafey nədir sizcə? Milli mənafeyi kim tərif edir? Kim deyir ki, milli mənafey budur, o deyil. Bunu ona görə soruşuq partilərdən ki, bəlli olsun milli, yəni hər kəs ki bunu eşidir, bilsin ki, milli mənafey nədir? Heç kəs demir ki, mən tərif elədiyim milli mənafey. Təbii ki, hakimiyyətlər milli mənafeyi fərqli düşünə bilərlər. Yəni, o adam ki, gəlir rəis cümhur olur, ya vəzir olur, ya hər nə olur, o eləyə bilər milli mənafeyi fərqli düşünsün. O partinin baxışına, ya o adamın baxışına bağlı ola bilər. Amma milli mənafeydən bir dana biz şey yaratmalıyıq, zehni yaratmalıyıq. Bir ideoloji yaratmalıyıq. Hamının əlinə bir çıraq verməliyik, qüvvə çırağı verməliyik ki, bunu tuta o qaranlıqda yol gedə. Da ehtiyacı olmaya hər şeyi soruşaq. Tamam, milli çıxarları tanıdılar və yenə də tərsə gedələr. Bax, bunlar ki, bildilər, bilməyənlər heç, amma bilənlər yenə də tərsə gedirsələr, xiyanət üzrə ola bilər. Bunların ki, xiyanət ola bilər.
Yəni məsələn filan kəs ki indi zindana da gedibdi, yazı da yazıbdı, nə bilim filandır, bəhmandır, daha çox deməyim, amma bu gələ deyəcək, çıxıb dövlət qurmaq milli mənafe deyil. Nə mənə milli mənafedir onda? Əslən dövlət qurmasan milli mənafedən danışa bilər misin? Dövləti olmayan bir millət milli mənafedən danışa bilər mi? Bizim milli mənafeyimiz İranda nədir? İndi bu İranda biz yaşırıq. Bizim milli mənafeyimiz nədir? Biz o zaman milli mənafeydən danışa bilirik ki, dövlət ən milli mənafey, ən üstün milli mənafey ki, ondan üstün heç zat yoxdur dövlət qurmaqdır. Əgər bir nəfər buna desə ki, bu milli mənafey deyil, ya buna inansa xaindir. Qutuldu getdi. Xaini belə mərif edirik. Hər kəs desə ki, Azərbaycanlıların milli mənafeyi dövlət qurmaq deyil. Bu xaindir. Məncə bu düşməndir. Ya bilir, ya bilmir. Bu gərək hamı, əlbəttə ki, biz gərək bunu bilindirək hamıya ki, milli mənafey bundan ibarətdir. O birisləri bunun kölgəsindədir. Bu olmasa milli mənafey yoxdur. Vətən milli mənafeydir. Bu günlər onu qırırlar, biraz Kürdistana, biraz ora bura verirlər. Siz burada nə edə bilirsiniz? Hani milli mənafey? Çünki dövlət yoxdur milli mənafeyi qoruyan. Milli mənafey olsa dövlət deyər ki, 1 milyonda ölsə, burada mən vətənimi qoruyacağam. Amma milli mənafey olmasa, dövlət olmasa, milli mənafey heç kəs qorumaz. Heç kəs qorumaz. Yəni, neyniyəcək? Məsələn, mən durub əlimdə bel götürüb gedib neyniyəcəm? Məsələn, İran dövlətinin qabağında bellə gedəcəm neyniyəm? İran dövlətinin qabağında dövlət lazımdır. Top lazımdır, tüfək lazımdır, ordu lazımdır, güllə lazımdır, cəsarətli insan lazımdır ki, öldürə. Ölə. O Azərbaycanda bir şey var idi, sərbaz. İbrahim nəmənə. Durdu getdi təhcanına ermənilərdən neçə nəfər öldürdü, 40 neçə nəfər öldürdü, şəhid oldu. Dövlət olsa o cür bir insanlar tapılar içində. Bizim ama yoxumuzdur. Özdə deyirik ki, hər kəs sabahları pezeşkiyan çıxdı ya çıxmadı. İrana bir qarışıq düşdü. Niyə biz çıxmayaq eşkiya, niyə milli mənafeyimizi almayaq? Elə bu adamlar, baxın bu adamlar yaşıl cərəyanında da bizə dedilər gedin oturun evinizdə. Biz yaşıl cərəyanında İranın ən zəif yeriydi. Tehranda, Fars sultanlarında belə İran yıxılmışdı, yeri yox idi. Hər yer qalxdı, Azərbaycan oturdu yerinə dedi, mən hakimiyyətin yanında oturacağam. Niyə? Milli mənafeyi təşxis vermədik. Milli mənafeyi ki, bizim hakimiyyət qurmağımızdır. Biz özümüzün topumuz yoxdur, tancımız yoxdur, falanımız yoxdur. İranla savaşaq, torpaqlarımızdan salaq eşiyə. Məcburuq ki, İran dövləti zəif olanda hər nədən dolayı. Ağa, Pəhləvi sabah gəlir, gəlsin mənə nə? Mən o ləhzədə dövlətimi qurum, Pəhləvi gəlsin, getsin Farsistanda nə gələt edir, eləsin, mənə nə? Ne bizim onların işimiz yoktu ki. Biz öz çörəyimizi almalıyıq. Biz öz umacımızı düzəltməliyik. Biz öz dövlətimizi qurmalıyıq. Qutardı, getdi. Ola bilər. Çünki ola bilər dedim. Niyə dedim ola bilər? Orada parmaq arasında dedim ki, bunlar xiyanət üzrə ola bilər. Bunların işləri tərsə davransalar xiyanət ola bilər. Niyə? Çünki milli çıxarları hər bir yazar, düşünür və parti mümkündür, fərqli anlasın, anlatsın. Ola bilər biri desin, amma dövlətçiliği heç bir parti, heç bir birey deməz ki, yox, dövlətçilik və dövlət şey deyil, milli mənafə deyil. Ola bilər deyərlər ki, hətta bəziləri tapılır, ya, Kürdistana yer veriblər, milli mənafə deyil, hələ bizə indi feylən vaxtı deyil, ola bilər bu, ola bilər. Azərbaycanı bölüblər, birazını veriblər falan yerə, birazını falan buraya. Azərbaycanın adını götürüblər, hər yerdən kətlərin adını, şəhərlərin, dağların, dərələrin, küçələrin, meydanların adını dəyişdiriblər. Tamam, bu ola bilər, milli mənafə. Bu da indi bunun üstündə danışaq. Tamam, bunu da inan demək olar ki, tamam, burada baxışlar fərqlidir. Amma dövlətçilikdə fərqi yoxdur. Əgər qonağımız təşrif gətirmiş olsa, lütfən orada bir yazsın. Mən bilim gəliblər və bunu mən o əslində sözü uzaldıram ki, qonağımız təşrif gətirsin. Mən istəmirəm indi kəsən və mənfi nömrə verəm. Çünki indi əlan yarım 40 dəqiqə vaxtimizdən geçir. 40 dəqiqədir mən əslində gözləyirəm ki, qonağımız təşrif gətirsin. Hər halda bugün elə bir 10 mənfi verəcəyik.
Var olun, əziz dostum, sağ olun. İndi bu durumda, yəni əgər belə bir şey olar, nə olacaqdır? Xiyanətdən danışmaq çox zor və insafsızlıqdır. Hə, bəzi məsələlər vardır. Məsələn, əcəba Misi Süngünü aparıb İsfahanda şey eləmək bizim milli mənafeyimizdir. Ya yox, bunu tartışmaq olar. Amma dövləti tartışmaq olmaz. Dövlət milli mənafeydir. Və əgər biri deyir ki, sabahları Pezeşkiyan bəhanə eləyib, xiyabana çıxmayın, bu milli dövləti nədir quracaq ki, deyək ki, mən beləsi quracaqım. Mənim gücüm var, sən gücünü nə cür eləyəcəksən? Mən tamam farsların kanallarına baxıram, böyüklərinin, yəni mətrəh adamların gedib televizyonlara baxmıram. İranın içində danışanlara baxıram, Ziba Kəlam kimilərə baxıram, nə bilim, filan kimilərə baxıram, Əbdiyə baxıram, Abbas Əbdidən mənzurumdur. Bəzilər ki, bu islahatın belə içində var, şeyin içində vardı. Usta danışıqlar ki, İranın öz içərisində danışdırırlar kanallarda. Onlara baxıram, görürüm, hamısı deyir ki, bizim, ya bu günlər baxırdım, deyir ki, bizim heç bir İran dövlətinin əl-an gücü yoxdur, bir dənə hərəkətin qabağında dayanır. Bax, bunu bu günləri şeyə qoyublar, bax, Instagrama. Instagramda bu günləri deyir ki, İran dövlətinin heç gücü yoxdur ki, İranda qalxan bir hərəkətin qabağında dayana bilsin. İndi, yəni, İran dövləti ən zəif mövqeydədir, xüsusən ki, əgər Bəluçlar çıxalar, Kürdlər çıxalar, Ərəblər çıxalar, Türklər, Qəşqailər, hər kəs çıxar, Farslar da çıxacaqlar. Biz burada heç bir dövlət eləyə bilməz Azərbaycana ordu gətirsin. Gətirə bilməz. Və Azərbaycan ordusunu bir saatda qurar. Radionu alacaqsan, televizyonu alacaqsan, Azərbaycanın istiqlalını elan eləyəcəksən öz şəhərində, məsələn Zəncanda, məsələn Həmədanda, məsələn Tehranda, məsələn Kərəcdə. Radio, televizyon alacaqsan və bura Kərəc, Güney Azərbaycan Türk Cumhuriyyət mərkəzidir. Tamam türklərdən İranın başında xahiş edirəm, silahlanın, taliqanlardan silahları ələ getirin, sərbazlar, əskərləri ki, türksüz silahlarınızı gəlin Azərbaycanı, türkü qorumaq üçün gəlin meydana. Qoymayın silahlar düşsün Kürdün əlinə, Farsın əlinə. Əgər fərmandehləri sizə xəbər versələr ki, əmir versələr ki, türkü vurun, fərmandehlərinizi öldürün. Yəni, bizim cəsarətimiz olmalıdır, bunları deyək. Mənim əkantumu bağladılar, bağlasınlar. Bunu mən deməyəcəm, sən deməyəcəksən, kim deyəcək bunu millətə? Adam götürüb mənə yazıb ki, Hidayə, sən niyə siyasətsizsən? Oturmuşsan, açıq-açıq nəxşələri deyirsən. Axı, bizim ayrı yolumuz yoxdur ki, bizim sitadə mərkəzimiz yoxdur, bizim bisimimiz yoxdur, bizim mahvarəmiz yoxdur, bizim şeyimiz yoxdur ki, oturaq oradan cizdin hamiyə deyək ki, ordumuz var, məsələn, bir daha 1 milyonluq ordumuz var, deyək ki, tamam, sabahları saat 7-də sübhamı çıxacaqdı xiyabana, kodit eləyəcək. Bizim belə bir sistemimiz yoxdur. Biz elə məcburuq ki, açıq ələni buradan deyək ki, millət, bizim çarəmiz fəqət sizə yalvarmaqdır. Çarəmiz də, sonumuz da, sonucumuz da sizə yalvarmaqdır. Siz ki bir iş görəcəksiniz. Siz ki çıxacaqsınız xiyabana, bu dövləti yıxacaqsınız. Ayrı yol yoxdur. Heç bir seçimimiz yoxdur. Və bunu zamanı əldən, fürsəti biz yaratmamışıq. Bu intixabatı biz yaratmamışıq. O rəis cumhuru biz öldürməmişik. Onu Sipah Pasdaran öldürübdür, onu İttilaat öldürübdür. Bunu da bunlar gətiriblər. Pezeşkiyan da bunlar gətirəcəklər iş üstə. Bu bizə bir fürsətdir. İndi ya Pezeşkiyan çıxacaq ya çıxmayacaqdır. Çıxsa biz çıxacağıq xiyabana. Buna görə ki, deyəcək, bu türkdür. Bundan himayət edirik. Müxalifləri də çıxsın, savaşa təcək məmləkəti. Məmləkəti təcək savaşa. Bir bəhanə ilə bu İran adlı məmləkəti təcək içərdən yıxaq. Kürdlər də gəlsin, belə orada dövlət qursunlar. Sonra oradan savaşıb torpaqlarımızı alarıq. Amma əlvələn dövlət qurmaq mühümdür. Necə ki, indi bizə Kürddən qorxudub, Farsa bizə deyirlər, get Farsa boyuna, Kürddən qorxu. Kürd mənim bir şəhərimi alıbdır, amma Fars mənim kollən dövlətçiliyimi alıbdır, torpağımın hamısını alıbdır. Mən bir qarıc üçün gedim məmləkətimin hamısını verir. Bu nədir milli mənfəəti düşünməkdir ki, bu necə bir milli mənfəəti düşünməkdir?
Milli mənfəəti düşünən deyəcəkdir ki, biz savaşacağıq və fürsətdən faydalanacağıq. Fürsəti də düşmən yaradıbdır. Burada biz millətimizdən və o birisi millətlərdən, ərəblərdən də istəyək, bəlüçlərdən də istəyək, türkmənlərdən də istəyək, qəşqailərdən də istəyək, kürdlərdən də istəyək, lorlardan da istəyək, bəxtiyarilərdən də istəyək, talişlərdən də istəyək, ciləşlərdən də istəyək, mazənilərdən də istəyək, farslardan da istəyək. Əgər demokrasi istəyirsən, farslar çıxın xiyabana. Əslən, Pezeşkiyanın əleyhinə bir təbliğat salaq, pan-İranizmi gücləndirək, ağa gəlin, İran gedir oradan, gəlsinlər xiyabana, savaş çıxadaq. Gəlin xiyabana. Yəni, bizim ayrı çarəmiz yoxdur. Mümkündür ki, 2-ci dövrə çəkilə dostlar, 2 həftə bizə fürsət verəcəkdir. Biz 2 həftədə eləyə bilirik ki, milləti silahlanmağa beynin hazırlayaq. Məncə tamam radiolarımız, televizyonlarımız, 2 kanal televizyonumuz var. Ondan sonra sosial şəbəkəmizin hamısı, məncə hamısı bu 2 həftədə fəqət gərək milləti silahlandırmağa, savaşmağa hazır eləyirlər. Beyinlər hazır ola, davanı nə cür salacağıq? Hər kəs öz məhəlləsində deyək ki, mən nə cür davanı sala bildim bu məhəllədə, bu şəhərdə? Hər kəs öz məhəlləsində. Kələybərdə məsələn istəyirlər, Xoyda, Səlmasda, Tikantəpədə, Urmiyədə, Zəncanda, hər yerdə, Təbrizdə istəyirlər çıxılır. Orada nə qədər polis var ki, çıxarlar bunların qabağına. Əgər millət 100.000 nəfər çıxsa qabağa, onlar bunların qabağına çıxa bilərlər. Və bu anlamda çıxarlar. Deyirlər ki, gələni qabağa vuracaq. Hangi polis, hangi əfsər, hangi sərbaz gəlsə qabağımıza vuracaq. Biz ayıq olmalıyıq. Necə ki, məsələn, biz oturaq deyək ki, milli mənfəət budur ki, hər kəs sizi çağırır xiyabana, getməyin ha. Azərbaycanın mənafeyinə xidmətdir. Tamam, deyirik ki, bəzilər, baxın, bəzilər deyirlər, Pezeşkiyandan biz bir dənə nərdivan düzəldirik, şüarlarımızı aparaq, dövlətin içindən millətimizi ayıldaq, filan eləyək. Tamam, bunu inanırıq. Demirik ki, bunlar pis iş görürlər. Əslən, demirik pis iş görürlər. Hətta rəy verənlərə də demirik pis iş görürlər. Heç kəs bunları məhkum eləmir ki, sən niyə gedib rəy versən, ya indi bu fürsətdən istifadə edirsən, səni məhkum edəcəm. Əslində, ittifaqın təşviq edilir. Gedin sitatlara, gedin yazın, deyin, istəklərinizi kətbi olaraq yazın, verin, istəkləri, cavabları kətbi olaraq alın, bunları eləyin. Bu bizim milli hərəkətimizi gücləndirməkdir, millətimizi gücləndirməkdir. Bunu eləyin. Biz demirik ki, hətta rəy də verirsiniz, Pezeşkiyana rəy verin. Yəni, məcbursan deyirsən, mən seçəcəm, getirə Pezeşkiyana rəy ver. Hətta əqəl deyirsə ki, bir dənə Türkiyə rəy verirəm. Bu milli mənafey deyil, bunun üstündə danışmaq olar. Bunun üstündə danışmaq olar. Biri deyər ki, Pezeşkiyana rəy vermək milli mənafeyi təzmin elər. Biri də deyər, yox, bu milli mənafey deyil Pezeşkiyan. Amma dövlət qurmaq milli mənafeydir. Dövlət qurmaq milli mənafeydir. Milləti savaşa hazırlandırmaq milli mənafeydir. Biz istəyək, istəməyək bu bölgədə, dostlar, geci, tezi savaş düşəcək. Baxın, ya indi düşəcək, ya 5 ildən sonra, ya 10 ildən sonra bu İran, Əraq kimi vurulacaqdır, Suriyə kimi vurulacaqdır, Libi kimi vurulacaq, gərək vurula. Yəni, İranın olması bu günləri fiilən dünyada yüzlər milyar dolar silahın satılmasına səbəb olur. O gün ki, silah satılma dayandı, bu silahlar ki, alıblar, ambar olublar, gərək işlənə bir yerdə ki, Tazaşdan silah alalar. 500 milyar dolarlıq Ərəbistan-ı Suudi İranın qorxusundan silah alır. 500 milyar dolar. 500 milyar dolarla İran adlı məmləkəti yerdən söküb Tazaşdan dikmək olar. Amma o 500 milyar dolar burada partlayacaqdır. Bu bölgədə partlayacaqdır. Çünki bunlar, o adamlar dünyanın nəqşəsini çəkirlər, fırlandırırlar, oynadırlar ha. Silahı düzəldirlər, satırlar, savaşı salırlar ki, pul qazanırlar. Savaş bir sənətdir, bir teknolojidir. Biz bu günləri hər nə qədər İrandan tez ayrılsaq, belə özümüzü qoruyacaq. Belə o savaşdan uzaq duracaq. O savaşdan biz qorxmalıyıq. O savaş bizim qiyamətimiz olar. Biz indi mümkündür ki,
10 min nəfər ölü verək, istiqlalımızı alaq, amma gələn o savaşçı düşəcəkdir, o 500 milyard fəqət Ərəbistana var idi. Bunun yanında dünya silahlarıdır. Bu silahları necə o şirayında idi? Tamam, 2-ci Dünya Savaşından bu günəcə nə silahlar qalıb, hamısını orada işlədirlər. Çünki onlar gərək qutaraq yeni silahları, baha silahları sata bilərlər. Yəni fikirləmin ki, məsələn, onu salıblar Ukrayna, oradakı fəqət elə Rusiya gedir, oradan 1 metr torpaq alayı almaya. Orada Rusiya da o qədimi silahlarını işlətməlidir. Bu tərəfdə işlətməlidir ki, taza silahları yer olsun, taza sənətə, taza teknolojiyə. Biz özümüzü bu şeydən qutarmalıyıq, İrandan qutarmalıyıq. Biz gələcəyimizi, o savaşı öz torpaqlarımızdan uzaq saxlamalıyıq. Bizim siyasi iradəmiz, dövlətimiz olmalıdır ki, dünyaya deyə, ağa, mənim mərzim buradandır. Buradan o üzəri bombaran elə, buradan bu üzəri bombaran elə. Qutuldur. Mənim bura torpağı, mənim savaşı qatmayın. Biz gecitsəcə bu İran dağılacaq. Amma Suriyə kimi olanda əcəba özümüzü qorumağa bir imkanımız olsun? Yoxsa yox. Biz həm indiri görməliyik, həm gələcəyə. Mənafiimiz ən bizim. Biz bir var ki, onda istiqlal alaq, dağılandan sonra, millətimizin çoxu öləndən sonra, şəhərlər dağılandan sonra, körpülər dağılandan sonra, sədlər dağılandan sonra, hər şey aradan gedəndən sonra, yollar aradan gedəndən sonra, bərq idarələri, radio, televizyonlar falan, hər şeydə, karxanalar aradan gedəndən sonra deyək ki, istiqlalımızı alırıq. Bir də var ki, bu günləri alaq, az xəsarətinə, sabahları özümüzü qoruyaq, Türk dünyasına yapışaq, heç kəsin zor bizə çatmasın. Bizim qalmağımız, dostlar, Türk dünyasına yapışmağımızdır. Bunun da yolu dövlətimizi qurmaqdır. İrandan ayrılmaqdır. Bu məqalənin davam verim olsun. Bu durumda xəyanətdən danışmaq çox zor və insafsız olar. O zaman ki, məsələn, dedik da, biri də deyər ki, bu intixabatda, bu seçkilər şimdi Təbrizdə var, Riyasət Cumhuri, burada şirkət eləmək milli mənafidir. Biri də deyər, mənim kim adam da deyir, yox, milli mənafi deyil, milli xiyanətdir. Burada insanlara demək olmaz ki, sən xainsən, niyə gedirsən, rəy verirsən. Bunu demək olmaz. İran-Fars oyununda iştirak edən və səs verməyə çağıranları istəmirəm uzun müddətli milli çıxarlara xiyanət ilə ittihamlayım. Mən istəmirəm bunlara deyəm ki, İran çağırırlar ki, gəlin Azərbaycanın işğalına sizə daha 4 il, 8 il icazə veririk, imza veririk. Biz dostlar gedirsiniz, o rəy salırsınız, barmağınızı basırsınız, o sizin icazənizdir. Deyirsiniz ki, Azərbaycanın işğalına 4 il sənə icazə verirəm, burada hələ qal. 4 ildə məni öldürə bilərsən, zindana verə bilərsən, şikəncə eləyə bilərsən, qarət eləyə bilərsən, karxanalarımı dağıda bilərsən, mədənlərimi dağıda bilərsən, dilimi aradan apara bilərsən, adlarımı çevirə bilərsən, hər nə istərsən elərsən, ordu çəkib burada adamları qətlam eləyə bilərsən, imza verirəm sənə, ağ kağızda imza qoyuram, hər nə yazsan sən yaz. Olan biz evlənəndə belə evlənmirik. Ağ kağız vermirik. Gedək indi məsələn gələk 4 illik imza basırıq. Amma yenə də bunları ixtilaf olduğu üçün arada, düşüncə ixtilafı olduğu üçün demirik ki, bu xaindirlər. Xiyanətə müttəhəmləmirik. Ki, tamam, onlar gediblər, orada xiyanət edirlər, rəy verənlər. Belə demirik. Amma bilirik ki, xiyanətə səbəbi olur. Yəni, onların imzaları xiyanətdir, amma müttəhəm eləyəmirik. Neymiş? Yəni, millətimizin birazı gedir verir. Biz onları xiyanətə müttəhəm eləsək, biz qazanmırıq ki, o düşmən qazanır. Biz millətimizi iki yerə xain və düşmənə belə şeyə bölməmirik ki, xain və xadim. Yəni, yarısını atarıq qırağa, qoyarıq qabağımıza. Təbii ki, bunu gözümüzü yumuruq. Yəni, məcburuq gözümüzü yumuruq. Çünki sonunda istəyək, istəməyək, bunlar bizim millətimizdir. Və biz istəyək, istəməyək dövləti bunların ümidi ilə quracağıq, bunların əli ilə quracağıq və bunlar o dövləti qoruyanlar olacaqlar. Bu dövlət üçün qurulandan sonra, baxın, insanların zehni belə işlər. İnsanlar güclünün yanında dururlar. Niyə indi rəy verirlər? Çünki İran dövləti güclüdür. Əgər mənim güclüm orada olsaydı, bir 100 min dana sərbazım olsaydı, mənə rəy verərlər. Çünki güc mənim yanımda olardı. Amma çünki mənim gücüm yoxdur, İran dövlətinin gücü var, gedir onu deyir, rəy verim, özümü qoruyayım.
Özün qoruyun, mənfəət qazanın. İnanın hamısı mənfəət üstə. Dostlarımızın biri partilər, məndən burada müsahibə edirəm bu düşüncə bağında. Partilərin biri gəldi, burada danışdıq, sonra da Qəbirikollu ilə danışdıq. Deyir ki, Zənzindəki Azadidə biz Almanda yığışdıq, Türklər gəlmədilər, Kürdlər gəldilər, Kürdlərin bayrağı görsənir. Mən bu günləri Avropada mənə video gəlir, göndərirəm ora. Həman o adamlar ki, Zənzindəki Azadi deyirdilər ha, gedirlər İranın rəy verirlər. O birisilər də gedib rəy verirlər, onlara söyüş verirlər. Niyə? Çünki ideoloji yoxdur, çünki inanc yoxdur, çünki dövlət istəmirlər, onlar qururlar. Onlar istəyir ki, mən hakimiyyətdə olum. O istəyir ki, bir dana vaxtini doldura. Gedir orada Zənzindəki Azadi. Onun dəhdəqəsi o da milli hökumət deyil ki. O deyir, mənim dövlətim var, biz arvadların baş açıq olmağı icazə alsınlar. Mən məsələn, arvadın baş açıq olduğu olmadı, mənə nə rəbbi var? Mənim haqqım dəyəcəksin, o haqda danışam. Belə bizim xanımlarımız istədilər sabahları lüt, nənədən lüt gələrlər xiyabına. Biz neyin yaxdıyaq ki, sizi biz zorla giydirəcəyik. Niyə? Niyə gərəkdiyaq? Yox, o da biri də istədi, tamamən başdan ayağa barmaqları da görsənməsin. Gəldə biz neyin yaxdıyaq? Yəni bizə bunların nə rəbbi var? İnsanın şəxsi iradəsi, şəxsi yaşamı bizi bağlamaz. Bizi bağlamaz. Kanadada biz yaşırıq. Burada şəxsi yaşamları bizi bağlamaz. Biri fala baxır, biri gedir fal baxdırır. Bizə baxmaz. Biz xurafat bilirik, bilmirik. Bizə nə rəbti var? Biri namaz qılır, o birisi kilisəyə gedir. Bizə rəbti yoxdur. Biri də əsən getmir, müxalifdir dininə. Heç kəsə demirlər. Deyirlər, Kanadanın milli mənafeyini qoruyacaq hamımız. Hamımızı, tamam, ondan sonra getkinə nə inirsən, elə? Məncə, hər kəs hər bir dəlilə görə farslığa rəy və məşruiyyət verirsə, ya məşruiyyət verməyə çağırırsa, Azərbaycanın və milli hərəkətin uzun vədəli milli mənafeyinə xəyanət etməkdədir. Mən belə baxıram. Çünki tüm kandidlər və Pezeşkiyan da milli hərəkətin kandidi, düşünürü, fəalı deyil. Siyasətçisi deyil. Pezeşkiyan da İran Farsın siyasətçisi və onlara yaramaq üçün meydana izin verilmiş bir şəxsidir. Seçki meydanına izin veriblər, gələsən bura, onun nəfinə. Yoxsa ki, bir dənə milli fəala icazə versin. İndi icazə versinlər, məsələn deyirəm, belə yap belə bizim şeyimiz Çehriqaniyə icazə versinlər, orada kandid olsun. Yap belə Cənab Mühəndis Raşidiyə icazə verirdilər, kandid olsun. Sərrafi cənablarına icazə verirdilər, kandid olsun. Niyə Güney Azərbaycanlı milli insanların birinə icazə vermirlər, kandid ol? Hizbi quranmırıq. Bancı quranmırıq. Yəni nə ki, məsələn, qoyalarsan gedirsən orada. Pezeşkiyan da, tamam bunu oxuduq. Zaman süzgeci göstərəcək xiyanət ilə xidməti və ayıracaq buğda ilə arpanı. Lakin çox gec və ağır həzinəli olacaqdır. Bir aydan sonra, 2 aydan sonra, 5 aydan sonra o qədim məsəl var idi, ölər qəbirdə durar, başı deyər, ləhədə deyər, ay mənmişəm, ölən mənmişəm. Elə biz də 5 aydan sonra onlar ki, rəy veriblər, deyir, xanımları indi baş açıq gediblər, rəy verirlər. Adam iti ilə gedib rəy verir. İti qucağında alıb gedib rəy verir məsciddə. İti ilə gedib məsciddə qucağına alıbdı, gedib rəy verir. Qanun da vardı, qanun qoyublar ki, iti dolandırmaq qeyri-qanunidir, məscidə cildirmək kəsin nəcisdir. Amma Cumhur İslaminin indi sənin rəyvə ehtiyacı var. Ki, özünə məşruiyyət verəsən, o gələ sabahları səni öldürə bilər, səni vura bilər, səni işğalını davam edə bilər. Sənə deyir ki, tamam, başı baş gərək ver. Əsən lüton gərək ver. Kimə deyəcəklər ki, məsələn, biz bunları görürük. Onun ehtiyacı var. Sənin rəyi və ehtiyacı var, ağır imzana, ağ imzana səndən ala, sabahları deyə ki,
Pezeşkiyan sabahları deyəcək ki, yap belə çoxu budur da, xatəmi olacaq. Yap çoxu. Xatəminin dalısında mollalar var idi, ayətullahlar var idi. Ciddi ayətullahlar var idi. Sipah pastaranın birazı var idi, ittilatın birazı var idi, idarələrin birazı var idi bunun dalısında. Hizbilərin çoxu bunun dalısında idi. 40 dana hizbi bunun dalısında idi. Axırı da ki, mən tədarükatçı idim. Mənə deyiləcək ki, aftafa gedirdim, aftafa alırdım. Deyiləcək ki, 1 kilo meyvə al gedirdim, meyvə alırdım. Deyiləcək ki, santrifuj alırdım. Deyiləcək tanca alırdım. Tapa bilsəydim, tapa bilməsəydim də heç. Pezeşkiyan da gələcək, nəhayəti sonunda deyəcək, küstüm mən. Mən çıxıram qırağa. Nəhayəti bu olacaq. Əgər İran dövlətinin, gizli dövlətinin siyaseti budur ki, Batı Azərbaycanı versin Kürdlərə, tamam nümayəndələr Türk də olsa, onu verəcəklər. Məgər o dövrədə elə verir. İndi bir dana, biri də o qəd bizim, əstəğfirullah Rəbbi və ətubu ilə. Adam deyir ki, biz Urmiyyədə məclisə rəy vermədik. Kürdlər çıxdı, indi rəis cumhura rəy verək. Fikirli bəlkə Kürd nümayəndəsi eləyə bilər, məsələn, ya Türk nümayəndəsi elə oradaydı, Urmiyyəyə gəlirdilər, alırdılar. Yəni o zaman ki, Qazipur belə oradaydı, gəlirdilər, alırdılar Azərbaycanı. Azərbaycanın adını dəyişdirirdilər. Urmugölün qurutdular, vədənlərini apardılar. O nümayəndələr neynədilər? Hələ həman bu Pezeşkiyan neynədir? Təbii, bəzi müsbət işlər də olubdur. Yəni deməyək ki, olmayıbdır. Bu mənada deyil ki, müsbət işlər olub. Məsələn, bir dana çalışıblar, fraksiyon yaradılar, Türk fraksiyonu. Ehtimalən təhcə şey ki ola biləcəkdir, mənim zehnimə gəlir. Budur ki, Pezeşkiyan dövlət qura bilsə, Türk fraksiyonu işə başlaya bilər. Yoxsa əgər Xameneyi icazə versə onu da, verməsə, olacaqdır, rəis cumhur olacaq, rəisi şurayı əmniyyət milli, rəisi filan bəhman bunlar. Orada da deyəcəklər, bizim əmniyyət millimiz xətərdədir, Türklər fraksiyon qurmamalıdır. Dünənəcən sənə deməməliklərimizi bu günləri deyirik. Dostlar, elə bir qonağımız gəlmədi. Mən görürəm ki, saat 2:30, yəni 1 saat 2 dəqiqədir mən burada qonağımızı gözləyirəm. Təəssüflə. Hər nədən dolayıysa, İsa bəy, əgər buradasınız, İsa bəy dedim, çox üzr istəyirəm, Sadıq bəy, Sadıq İsa bəyli cənabları, əgər buradasınız, bir şey yazın, mən cənabınızı çağırım, yoxsa yavaş-yavaş mən mənbərdən düşürəm, sizə bir gözəl yekə, -10 verəm və gedəm. -10'u burada verək. Dostlar, bunu da deyək də, dostlar, bizim bir qərardad ictimaimiz var. Sadıq bəy cavab verdi. İcazə buyurun bunu qulaq asın. Mənfi mən verdim, o da oradan cavab verdi. Baxım görüm ki, nə yazıbdı. İnşallah ki, sağlıqdır. Bir baxım görüm ki, Sadıq bəy, oradan bir salam yazın. Siz orada mən eşitdim səsinizi. Deyirsiniz ki, gəlmişsiniz. Gördüm. Gördüm, ağa sizi bax. Ağa çox üzrlüyəm. Mənfini sildim. Məndədir günüm. Salam aleyküm. Əgər olsa kameranı düz söndürəsiniz, siz əyri görsənirsiniz. Düz beləsi görsənin. Lütfən. Mən eləyə bilməyəcəm onu. Çünki onu eləsəm daha ayarlaya bilməyəcəm. Çünki o məndə kamera ancaq elə göstərir. Onu görürüm mən sevirsəm necə olacaq? Görürüm mən sevirsəm necə olacaq? Tərsini bir dəqiqə görürüm mən sevirsəm bunu. Oldu. Eləyə bilsəm, əgər beləsi olsa. Oldu. Tamam, mən beləsi, okey, beləsi elədik. Bu da gözəl bir təcrübədir. Salam aleyküm Sadıq bəy. Necəsiniz? Xoş gördük. Çox sağ olun. Ağa, mən çox üzr istəyirəm. Bir saatdır mən burada mənbərə çıxmışam, yemirəm, sizi gözləyirəm. Mən burada da oturmuşam, görürsən, tər tökməkdən ölürəm.
Deyirəm bu deyir, özdə mən elə adamam ki, vaxtında olmalıyam. Və məni niyə çağırmadı, necə oldu? Allah Onu mən Allah. keşke mesaj Çox mən də bu daha doğrusu telefonu da koymuştum orada. Yani hazır. Sonra dedim bir bakım görüm canlı yayın gelir mi, getmir mi? Baktım gördüm canlı yayın var ama hala danışırsınız. çox Herhalde o çox deyim hər alındı. halda məni bağışlarsınız, mən mütəvəccüh olmamışam Yok, gəlmisiniz. bu sadece bu tekniki sorundu. Instagram'la da işleme biraz çetindi bilirsiniz. Yani Doğrudur, doğrudur. yani biz Tamam, çok işlemirik ona göre olabilir. tamam, təşəkkür edirəm. Çox Ben sağ olun, teşekkür var olun. ederim. Mən icazənizlə bizim bir iş əməkdaşlıq şeyimiz vardı, qərarlarımız vardı. Onu oxuyayım. Yox, onun çünki o bizim əsas həm dostlarımız bilsinlər, həm də cənabınız yenə də cərəyanda olur ki, nə cür danışacağıq, nə cür nömrə verəcəyik, onları bilir. O Sonra kararda hamıya oxumusunuz. Mən bilirəm, amma yenə də əlbəttə ki, oxuyayım, bəli. Əziz və hörmətli Güney Azərbaycan Siyasi Təşkilat mənsubları, salamlar və saygılar. Güney Azərbaycan Düşüncə Bağı otağına xoş gəlmisiniz. Düşüncə Bağının iş quralları. Əlif, İnsafəli Hidayət tərəfsiz olaraq bu otağı idarə edəcək. B, sizlərdən soruları İnsafəli Hidayət soracaq. P, sizlər İnsafəli Hidayətdən soru soramazsınız. Əgər vətəndaşlardan qonu haqda sorğular gəlirsə, adı bəlli olan vətəndaşlar soru sora bilir və Hidayət o soruları sizlərə yönəltir. Hər şəxs təşkilatında olan yer ya mənsubiyyəti və soy adı ilə xitab olacaqdır. Mən icazə versəm cənabınızı Sadıq bəy desəm mənə rahat olacaqdır. Amma istərsiniz elə soy adınızla xitab edərəm. Hər siyasi təşkilatın vaxtı o təşkilatın sorulara cavab verdiyi qədərdir. Mümkündür oturun 1 saat ya da 5 saat sürsün. Əgər sorular və cavablar bir gündə 4 saatda bitməzsə, ara düşmədən və ardı kəsilmədən ikinci ya üçüncü, dördüncü, beşinci oturumlar devam edə bilər. Soruların cavabı olduqca xülasə və müstəqim olmalıdır. Bunun təşxisi İnsafəli Hidayətə bağlıdır. Əgər parti mənsubları suala cavab verməkdən qaçınırsa, ya cavabda haşiyəyə gedirsə, İnsafəli Hidayət qonağın söhbətini kəsib sorunu yenidən soracaq. Soruların cavabı qane edici oldu ya olmadı, İnsafəli Hidayətin təşxisinə bağlı olacaq. Qonaqların sonki cavab haqları var. Soruda və cavablarda heç bir şəxsə və təşkilata ədəbsizlik, acı söz, pis sifətlər verilməyəcək. Əgər cavablarda hər bir birəyə ya təşkilata tohin, iftira, təhqir və mənfi sifətlər dilə gəlirsə, o fərd və təşkilata cavab haqqı veriləcək. Həmən birey ya təşkilatın haqqı var, aynı zamanda söz alıb cavab versin ya gələn oturumlarda huzur tapıb cavablasın. Tohin, iftira, təhqir, kötü sifətlərin təşxisi adı çəkilən fərdilər və təşkilatlardan əlavə İnsafəli Hidayətdir. Əgər düşüncə bağının qonağı bir şəxsin adını çəkib, onu ya o bağlı olan təşkilatı tənqid edərsə, ya onlara bir sifət bağlarsa, ya onları sorğu altına alırsa, İnsafəli Hidayət o bireyi ya təşkilatı həmən cələsə ya sonki iclasda cavab üçün dəvət edəcək. Düşüncə bağı otağı ədəb, ərkan, mərifət, sayğı və hörmət üzrə qurulacaq. Əgər qonaqlar hər bireyin və təşkilatın adını gətirmək zorunda qalırsalar, sayğılı və hörmətli sözlər ilə o bireyi və təşkilatın adını səsləndirəcəklər. Otaq başlanandan sonra dək hər qonağın mənfi və sayğısız sözləri bir mənfi nömrə hesab olub elan olacaq. Hər iclasın sonunda sayğısız sözlərin sayı üzərində mənfi nömrənin sayı elan olacaq. Beləlik ilə o fərd və təşkilat mənfi nömrə ilə tanınacaq. Mənfi nömrəsi az olan ya əslən mənfi nömrəsi olmayan təşkilat və onun mənsubu üstdən aşağı desəm, milli ərdəmli, ən ərdəmli və ərdəmli sifətinə layiq görünüb, topluma və həmən iclasın və sonraki iclasların sonunda tanıtılacaq. Tüm təşkilatlarımızın və mənsublarının milli ərdəmli olmalarını dilər və hər birindən özləri millətimizə ən gözəl ədəbi, ədəbli və siyasal sözlər ilə və xülasə olaraq tanıtılmasını
rica edirəm. Çox sağ olun, təşəkkür edirəm Sadıq bəy. Var olun, sağ olun. Sizlə beləsi başlayaq. Sadıq bəy, əvvəl özünüzü, təşkilatınızı bir bizə tanıtdırın. Lütfen, buyurun. Hoş gördük sizi Sayın İsafəli bəy, değerli tamaşaçıları, millətimizi. Ümid edirəm ki, faydalı söhbətimiz olsun. Mən Sadiq İsabəyli, Güney Azərbaycanın Xiyov şəhərindənəm. Orada doğulmuşam, 6 yaşından Tehranda, yəni Tehrana köçmüşüm. Tehranda oxumuşam, orada böyümüşəm və memarlıq üzrə o necə deyirlər, təhsilimi bitirmişəm. 1996-cı ildə Güney Azərbaycana o işlə bağlı projeye gittiğim zaman orada Azərbaycanın durumuyla yakından tanış olmuşam. Ve bir sıra o haksızlıkları ben orada gözümle gördüğüm için ne kadar insanlarımız məhrumiyətdə yaşayırlar, ne kadar təhqir içinde yaşayırlar. Ve o işlə bağlı projelerde birçok şehirlere gidirdim. Əcəbşir, Binab, Marağa, Təbriz, Azərşəhər, belə yəni şəhərlərin çoxunda olmuşdum və o necə deyirlər, onları küçə-küçə tanıyıram. Bir dəfə Təbrizə getdim, o su idarəsinin rəisi ilə görüşdüm və ondan nəqşə almalıydım, xəritə almalıydım o proje üçün. Orada mən onunla elə girən kimi Türkçə danışdım, salam əleyküm elədim, söhbətləşdim. Dedim ki, mən filan şirkətin nümayəndəsiyəm, gəlmişəm, belə-belə. Hamısını öz Azərbaycan Türkçəmizdə danışırıq. Bu çox belə, gördüm ki, belə gözündən belə gülüş, işıq saçır. Bəs sen Tehranda yaşıyorsun. Dedim ben Tehranda yaşıyorum. Ne acaba değil, bizim dilimizi bu kadar güzel danışırsan falan filan. Dedim ki herhalde öz ana dilimizdir. Ondan fəxr edirəm. Ve iş elə getirdi ki o projeler döneminde bir sıra orada yazıcılarla, şairlerle tanış oldum. Azerbaycan'ın tarihi hakkında bilen insanlarla tanış oldum. Olurdu ki zaman zaman geceler otururduk, söhbətləşirdik. Azerbaycan tarih. Azerbaycan Milli Hökuməti ilə bağlı ilk dəfə mən orada dəqiq bilgilər aldım. Ki Pişəvərinin o həyatı ilə bağlı, ümumiyyətlə qurduğu milli hökumətlə bağlı və s. Və bütün bunların hamısı məni sövq elədi ki, o milli hərəkətimizin, o necə deyərlər, milli dərdlərimizin yavaş-yavaş içinə girəm və əsasən mən daha çox bu məsələlərdə araşdırmalarla məşğul olmuşam, daha çox araşdırma işləri ilə məşğul olmuşam. Və təbii ki, Quzey Azərbaycana gəldim, həm orada təhsilimi davam etdirdim, həm təşkilatlara qoşuldum. Güney Azərbaycan İstiqlal Partiyasına 2006-cı ildə mən üzv oldum və sonra da onun Avropa üzrə sorumlusu olaraq müəyyən mənada, müəyyən müddət içində fəaliyyət göstərdim. 5 il orada, ondan sonra da 2009-cu ildə diyalog toplantısı formalaşdı Amsterdamda. Bu toplantıda mən də iştirak elədim. Əlbəttə ondan öncəki sürəcdə həm də Güney Azərbaycan İstiqlal Partiyasının nümayəndəsi kimi orada mən fəaliyyət göstərirdim. Yəni o toplantılar, belə deyək də, bu məcazi toplantılar, qruplar ki olurdu. Orada iştirak edirdik, söhbət aparırdıq, necə bu diyalog toplantısını keçirək, hansı məsələlər danışılmalıdır və s. Sözü uzatmaq istəmirəm və ondan sonra da o diyalog toplantısından sonra proseslərdə Amsterdam bəyaniyəsi çıxdı, 12 maddəli, elə o Pişəvərinin Milli Hökumətin o 12 şəhərlərlə bağlı çıxartdığı ona bənzər və təbii ki 2010
10 ya 11. ildə də Brükseldə keçirilən toplantıda biz Güney Azərbaycan Milli Azadlıq Cəbhəsini orada səs çoxluğu ilə formalaşdırdıq və o vaxtdan da bu günə kimi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin idarə heyəti və onun qurucularından biriyəm. Çox gözəl, çox gözəl. Təşkilatın haqqında biraz danışın lütfən. Təşkilat Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq gedir. Bu cəbhənin formalaşması təbii ki... Lütfən, bunu mən burada soruşum. Cəbhədir yoxsa cibhədir? Bunun düz adı mən... Biz onu cəbhə deyirik. Yəni Quzey Azərbaycanda daha çox cəbhə olaraq. Yəni bu cür ifadə olunur, amma Güneydə cibhə də deyilir. Bəli. Güney Azərbaycan Milli Azadlıq... İkisi də qanunidir, ikisi də legaldir. Bu cibhə ya cəbhə? Yox, bizə legal olan rəsmi sənədlərimizdə cəbhə gedir. Tamam. Buyur. Rəsmi sənədlərimizdə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi gedir. Tamam. Bu cəbhənin formalaşması Avropada yaşayan insanlarımızın, düşünən insanlarımızın, milli məsələ ilə məşğul olmaq insanların ki, necə eləyə bilərik, bir araya gələk, toplana, birlikdə o gücümüzü birləşdirək və hansı əsaslarla biz bir cəbhə formalaşdıra bilərik ki, müxtəlif fikirlər orada olsun və onun əsasında biz Güney Azərbaycanda gedən milli siyasi mübarizəmizi daha da təşkilatlanmış, daha da sistemləşdirilmiş formada irəli aparaq. Əsas o ideya bunun üzərindeydi və təbii ki, Amsterdam toplantısında 300-ə yaxın insan toplaşdı, müxtəlif təşkilatlardan gəlmişlər və təcrübəli insanlar var idi. Orada biz 3 gün demək olar ki, diyaloq apardıq, danışıqlar apardıq. Ayrı-ayrı qruplarda müxtəlif mövzular üzərində söhbətlərimiz olurdu saatlarla və onun nəticələrini biz axtarırdıq. Ümumiyyətlə, milli siyasi baxışımızı, milli hərəkata baxışımızı, o milli siyasi mübarizədə müxtəlif baxışlarının ortaq düşüncələri, ortaq prinsipləri nə ola bilər, necə bunlar bir yerdə güclərini ortaqlaşdıra bilərlər və təzadlı məsələlərimiz nədir, nəyin üstündə biz razılaşa bilmirik, nəyin üstündə bizim sorunlarımız çıxa bilir və s. Yəni, çoxlu suallar və onun üzərində söhbətlər və hətta yadımdadır ki, 2 gün keçəndən sonra bizim dostlarımızın bir sırası var idi, öz ölkələrinə, yaşadıkları ölkəyə dönməli idilər. Biz 12 maddəli prinsipləri yazanda onun ilkin redaktası olmuşdu. Amma orada o dostlarımız hətta məni vəkil elədilər. Dedilər ki, Sadık Sabəhli nə yazsa, nə ifadə eləsə bizə qəbuldur. Ona baxmayaraq ki, o dostlarımız bizim o ortaya qoyduğumuz əsas məsələ ilə o qədər də necə deyirlər, uyğun gəlmir. Amma o 2 gün, 3 gün içindəki diyaloqdan sonraki o yaranan ortam və bu ki, hamımız səmimi olaraq istəyirik ki, bu millətimizin gələcəyinə bir iş görək və bu səmimilik hiss olunurdu və onun üzərindən o, necə deyərlər, hazırlıq mərhələləri getdi və nəhayət Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi insanlarımızın səsi ilə Brükseldə təşkil olundu. Niyə cəbhədir? Bu partidir yoxsa cəbhədir? Yəni, əcəba partilərin cəbhəsidir yoxsa münfəridlərin cəbhəsi? Nə cür bir şeydir? Bu cəbhə idi ona görə ki, bunun məramı, məqsədi parti şəklində deyildi. Yəni, biz istəyirdik ki, orada həm partiyalar, həm o təşkilatlar, həm ona, belə deyək ki, fərdi şəxslər orada iştirak etməsinlər, birlikdə orada təmsil olunsunlar. Təbii ki, o zaman içində bunu nəzərə almamız lazımdır ki, bizim milli azadlıq hərəkatımızda və onun milli siyasi mübarizəsinin o gedişatında hər zaman eniş yoxuşlu prosesləri var. Çünki təcrübə bizim təcrübəmizdir. Biz onu təcrübə eləməliyik. Və mən hər zaman bu əqidədə, bu fikirdə olmuşam ki, bu təcrübədən biz qaçmamalıyıq. Çünki
Hazinesini bugün verdiğimiz hazine o kadar ciddi hazine değil. Ama öğrendiğimiz şeyler çok olur. Tecrübe ettiğimiz şeyler çok olur. Hazine o necə deyirlər, belə baxanda onun riskləri çox böyükdür. Uzaqbaşı 5 təşkilat gələr, sonra çıxar, sonra ayrı bir məsələlər gələr. Yenə də biraz tartışarsan, amma o necə deyirlər, o prosesin içində öğreneceğimiz çok şeyler var. Geleceği için çok şey. Ama bir de var ki öyle bir vaziyet olsun ki sen ona ağır hazineler ödeyesen o dönüşü olmuyor. Öyle o çarpışmalar olar ki onun dönüşü olmuyor. Bu bakımdan Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi çox ciddi təcrübələrə sahib oldu və bu mənada hələ də o cəbhə mahiyyətini saxlamaqdadır ki, biz eyni halda ki, müxtəlif təşkilatlarla işbirliyi haqqında hər zaman düşünmüşük, hər zaman çalışmışıq, təşəbbüskar olaq və yaxud başqa təşəbbüsləri dəstəkləyək. Eyni halda da onun gələcəkdə ona şəraitin yaradılması, birgə lazım gəlirsə fəaliyyətin göstərilməsi məsələsini biz açıq qoyuruq və ona görə də elə cəbhə Yəni formasında. indilikdə feilən fəqət parti şəklindədir, amma cəbhədə adı yoxsa içində ayrı partilər var, hizblər var, təşkilatlar var. İçində ayrı partilər, ayrı təşkilatların təmsilçiləri var. Ama biz onu geniş, deyək ki, geniş istəsək deyək, təbii ki, o geniş miqyasda, geniş mənada deyil. Çox təəssüf ki, o da yəni bizim suçumuz və yaxud başqalarının suçu deyil. Bu prosesin gərəyi budur. Yəni bilirsiniz də, bizim milli hərəkətdə bir məsələ deyil ki, deyəsən ki, bunu həll elədim, qalanı düzəldi. Gərək bunu da həll eləyəsən, onu da həll eləyəsən, onu da həll eləyəsən, bir-birinin ardınca bu gəlir və biz bu yolu getməliyik. Biz bunun o enişini, yoxuşunu getməliyik və o prosesi aparmalıyıq. İndi təşkilat hansı tarixdə, hansı şərtlər altında və nəyə cavab vermək üçün quruldu? Yəni biri də ondan öncə, biri də partilər var idi. Məsələn, niyə gərək quruluydu? Zərurəti nə idi bunun? Zərurətini mən dedim, zərurəti bu idi ki, bizim ortak prinsiplər üzərindən hərəkət etməmiz. Yəni, nə eləyə bilərik? Hansı məsələləri biz qoya bilərik ki, olsun bizim ortak hədəflərimizin içində bir-birini kənarlaşdırmadan, bir-birini inkar etmədən, bir-birini əzmədən. Və bu mənada biz orada hətta bu söhbəti də etdik ki, bizim minimum və maksimum haqlarımız arasında, hüquqlarımız arasında gərək təzad olmasın. Yəni, misal üçün biri istiqlal deyir, o birisi federal deyəndə o onun təzadlı deyil, o onun mükəmməli olmalıdır. Yetər ki, biz bilək ki, bu Azərbaycan mərkəzlidir, Azərbaycan üçündür, Azərbaycan naminədir. Orada biz Azərbaycan naminə ana dilimizi də alsaq, o hüquqlardan da bəhrələnsək, bu Azərbaycanındır və Azərbaycan bunu qazanmış sayılır. Da bunu bu partiya, o təşkilat, bu adam, bu məsələ, o mənada biz düşündük ki, ortak prinsiplər və o ortak prinsiplərdə biz müəyyənləşdirdik. Bizim mübarizəmizin o yolunda kim bizə mane olur, manelər nədir, tələblərimiz nədir, onun o demokratik prinsipləri nələrdən ibarət olmalıdır, niyə gərəklidir? Yəni, bunları biz hamısını danışmışdıq və onu, o necə deyirlər, cümlələr şəklində, bəndlər şəklində biz formalaşdırdıq və hesab edirəm ki, bu çox ciddi milli hərəkətimiz üçün bəlkə bu günləri, ya məsələn deyək ki, bu illər içində o qədər də dəyər qazanmayıbdı, dəyərləndirilməyibdi. Çünki insanlar uğur görəndə o uğuru deyirlər. Amma hesab edirəm ki, o yol olaraq, gedişat olaraq gələcəkdə bunlar çox ciddi bizim milli sərmayamızdır. Yəni, bu o demək deyil ki, mən burada təmsil olunuramsa, demək ki, bu. Yox, bütün təşkilatlanma formatları, bütün o formatların inkişaf etdirilməsi, o haqda düşünülməsi, hamısı bizim milli siyasi mübarizəmizin hesab edirəm ki,
ciddi təcrübəsidir və sərmayəsidir. Gözəl. Hizb və təşkilatın anlamı sizin təşkilatın gözündən, baxışından, fəlsəfəsindən nədir? Hizb yəni nə? Hizb təbii ki, o belə o klassik tərifində bir ideya ətrafında birləşirlər, bir ideya ətrafında o necə deyirlər, qruplaşırlar və o ideyanın gerçəkləşməsi üçün fəaliyyət göstərirlər. Bu mənada da ola bilər və o cürdə tərif olunur. Yəni bir cümlə, iki cümlədə tərif edilir. Amma mən hesab edirəm ki, bizim millət olaraq milli, yəni o partiləşmə bir anlam daşıyır. O da təşkilatlanmadır. O da bir təşkilatı sistemdir. Amma milli azadlıq hərəkatı yürütən bir millətin təşkilatlanma modeli mənə elə gəlir ki, o millətin içindən çıxan dəyərlərin üzərində bir prosesin ortaqlaşdırıb aparılması, onun sistemləşdirilməsi məsələsini ortaya qoyur. Ona görə də o təşkilatlanma modeli özü, yəni bir qrupun ideyasını təmsil eləmir, ya eləməməlidir. Bir millətin o apardığı mübarizəni təmsil eləməlidir. Maalesef biraz bizim insanlar bunu, məsələn, ben partiya qurmuşam, təşkilat qurmuşam, tamam da qurmuşsan, amma nəyi təmsil eləyirsən, onu nəzərə al, o təmsilçiliyə uyğun proqram, o təmsilçiliyə uyğun davranış. Yoxsa ki, mən məsələn təşkilat qurmuşam, ona da mənim, yəni sorun deyil, o da okeydir. Hər bir təşkilatlanma formatı, indi hizb adı ilə olursa, NGO adı ilə olsa, insan haqları məsələləri ya ətraf mühit, nə olursa, təşkilatlanma özü yaxşı şeydir. Yəni, özü özlüyündə yaxşıdır. Amma milli siyasi mübarizə bir gələcəyə sənin verəcəyin töhfə. Çünki bizim bu günləri hər bir işimiz, bugün mən bayaqları ona görə dedim, dəyərləndirilməyə bilər. Amma bir ildən sonra, 10 ildən sonra, 30 ildən sonra, bizdən sonraki nəsillər, bugünlər məsələn biz Səttarxanın, Bağırxanın, nə bilim, Xiyabaninin, Pişəvərinin axtarırıq bir kəlmə görəsən, harda deyib istiqlal, harda deyib özgürlük, harda deyib mənim haqqımı. Məsələn, məşrutə dövründə məşrutə elan eləyirdi ki, əgər Azərbaycanın haqqını verməsən, Azərbaycan ayrılacaq. Bunu Səttarxan deyir, onun ətrafındakılar deyir. Amma biz bunu bilirik, qoymayıblar məsələn bilək. Yəni bunları da, yəni bu o deyir, dəyərləri biz milli siyasi mübarizələrimizdə çıxarmalıyıq. Çünki orada bədəl ödənilir, baxın, qan tökülür, müqavimətlər göstərilir. İnsanlarımız ondan sonra nə qədər baskılara məruz qalıblar. Ondan sonra milli hakimiyyətimiz o necə deyirlər, əlimizdən çıxıb və belə bir duruma düşür. Yəni o mənfi və yaxud müsbət təcrübələr. O mənada mən hesab edirəm ki, bizim ümumiyyətlə təşkilatlanmağa baxışımız milli azadlıq, millətin özgürlüyü istiqamətində olunca onun fərqli məsələləri çıxır və o da bir təmsilçilikdir. Yəni biz nəyi təmsil etməliyik, hansı dəyərləri və o dəyərlər uğrunda mübarizəmizi sistemli aparmalıyıq. Hizbin və təşkilatın zərurəti nədir? Niyə əslində görə hizb yaransın, ya niyə yaranıbdır? Zərurəti nədir? Zərurəti odur ki, bilirsiniz necədir? Fərdi belə deyək ki, fəaliyyətlərin səmərəliyini biz danışırıq. O nə qədər səmərəli olur? Biz 30 milyon, 40 milyon Güney Azərbaycanda insanımız var. Bunlar hamısı fərd olaraq, məsələn, siz gedin, bir onlardan soruşun, fərqi yoxdur. Ya lap belə deyək ki, Şirazda yaşayır, İslamda yaşayır, hələ mən Azərbaycanda yaşayır, Bəndər-Abbasda yaşayır. Məsələn, mən özü Bəndər-Abbasda işləmişəm, olmuşam, orada çoxlu Qərbi Azərbaycandan, Urmudan olan insanlar orada ticarətlə, belə deyək də, işlə, fəaliyyətlə məşğulda. Mesela orada iki kəlmə Azərbaycanca danışırsan, görürsən, o da muğamata qulaq asır, o da musiqiyə qulaq asır, o da Azərbaycanı sevir. Bilirsiniz? Yəni, amma onun o sevgisi
Azərbaycan nə qədər qurtarır? Azərbaycan dərdlərinə nə qədər dərman olur? Qalıb orada, əsir yesir. Bu mənada hesab edirəm ki, bizim yəni zərurət bundan irəli gəlir ki, o milli, vahid bir gücün ortaya çıxarılmasında hamının iştirakı olmalı. Biz həm deyirik, haqqımızı istəyirik, həm də əlimizi qoymuşuz cibimizə gəzirik. Mənlik deyil. Ya da sənlik deyil, elə olarsan bu durumda. Bu mənada bu düşüncəni dəyişməmiz lazımdır. Biz gözləməməliyik bizi. O deyir, atalar sözüdür ya, hər halda belə bir söz var da deyir, haqq verilmir, haqq alınır. Amma o alınana qədər gərək onu anlayasan ki, alasan. O biləsən ki, söhbət nədən gedir? Nədir axı bu? Amma məsələn, siz görürsün, o asimile olmuş adamlar var. Mesela, ya ben birinci insanım. Sonra yani o insan nedir? O insan neyle insan olur axı? Bir insan beyni, zeyni eğer başkasına nökerçilikdirsə, başkasının dilində danışmaqdırsa, başkasının o dediği, koyduğu ideyalara xidmətdirsə, da orada o insanlıq nə mənada olur insanlıq? Elə yeyib, yatmaq, gəzmək, tozmaq falan. Bəs mədəniyyət, bəs tarix, bəs özünki. Yəni bəs zərurət yəni, nə olur? Zərurət bu sizin nəzərinizdə zərurətdir ki, yəni bunlardır ki, təbii ki, sən başqasına qaptırmaq istəmirsən, o millətin əzilməsini istəmirsən və bütün bu məsələləri ortaya qoyanda görürsən ki, bu mübarizədə təşkilatlanmaqdan başqa yolun yoxdur sənin. Birinci təşkilatlanmalısan. Bu millət təşkilatlanmalıdır. Və biz onun Avropada da örnəklərini görəndə ki, hər bir sahədə təşkilatlanma var. Bu da o necə deyirlər, görürsən ki, o günün həm də gündəmidir. Yəni bütün dünyada belədir. İnsanlar haqlarını bu cür əldə edirlər. Və biz niyə eləmirik? bir dənə hizbin və təşkilatın amacı nə olur? O təbii ki, mən yenə deyirəm. Məsələn, deyək ki, bir hizb deyirsiniz, məsələn, bir oturuşmuş bir demokratik sistemdə, oturuşmuş bir demokratik məmləkətdə bilirsən ki, sən bir partiyasan, o ölkənin anayasası var. O anayasaya uyğun sən bir partiya qurursan, bir təşkilat qurursan. Ona hədəf müəyyənləşdirirsən. Siyasi güc istəyirsən, iqtidara gəlmək istəyirsən. Və orada deyək ki, təbliğatı aparırsan, oranın, o ölkənin qanunlarına uyğun fəaliyyət göstərirsən, iqtidara gəlirsən və yaxud koalisyon yaradırsan filan filan filan. Bir sıra hədəflər qoyursan da, indi o toplumsal rifah, nə bilim, o, bu, hər halda. Yəni o partinin o özünün. Amma məsələmiz budur ki, bizim məsələn elə bir İran adlanan ölkənin ümumiyyətlə məsələn deyək ki, varlığı heç buna cavab vermir. O səni rəsmiyyətə tanımır ki, sənə bir şərait də yaratsın. Deyəndə mənim ana dilim budur, deyir, yox o deyil. Sən bilmirsən, sənin ana dilin fars dilindən dönmə bir dildir, adı da Azəridir, o cür danışacaqsan. Biz deyən ki, sən eləyə bilməzsən özə türk deyəsən və s. Yəni sözümün canı budur ki, bizim təşkilatlanma, bizim o amaclarımızın mahiyyəti ilə o normal deyək ki, partiləşmənin bir ölkədə oturuşmuş bir ölkədə o siyasi fəaliyyət göstərən partilər arasında fərqlər böyükdür. Ona görə də mən ancaq bu cür cavab verə bilirəm ona. Çox sağ olun. İndi fikir eləyin ki, Güney Azərbaycanda adamlar istəyirlər, ya İranda istəyirlər təşkilatlanarlar. Biz ilk olaraq deyək ki, nə cür təşkilatlanışı bilərsiniz? İndi onu nə cür təşkilatlanmaq olar? Mən yenə də orada məsələn deyək ki, bir sıra deyək ki, siz gördünüz məsələn Azərbaycanda ətraf mühitlə bağlı, Urmu gölünün qurudulması ilə bağlı. İnsanlar narahatdır, düzdürmü? İnsanlar çalışır ki, bu məsələni həll edəsin. Onun üçün örgütlənmə, onun üçün təşkilatlanma, zərurəti ortaya çıxır. Rejim onun qarşısını alır. Məsələn, adam bizim tanınmış fəallardan görürsünüz də. Məsələn, Urmu gölünü savunurlar, müdafiə edirlər, amma onlar ayaqları qandallı, qolları qandallı, açsız zindanlarda, xəstə vəziyyətdə Kərim İsmailzadə kimi məsələn birisi.
Niye o boksör adamdı, idmançı adam? Niye o güne düşsün? Sözümün canı budur ki, yani biz o zərurəti ki hiss edirik millət olaraq. Fərqi yoxdur. O lap belə deyək ki, məhəllədə görürsünüz, bəziləri toplaşır, deyir bu küçəni biz süpürəcəyik, onu pul yığaq, asfalt eləyək. Bu xiyaban niyə belə məsələn darmadağındır? Bələdiyyə şəhərdarı da baxmır, gəlin özümüz eləyək bu işi. Əl-ələ verirlər, onu eləyir. Məsələn, Təbrizdə deyək ki, yoxsulluqla bağlı, dilənçiliklə bağlı, bu şeylər olmasın deyə, deyək ki, bazar ya imkanlı insanlar bir araya gəlir ki, biz bu problemi necə həll edə bilərik özümüz? Çünki hakimiyyət Təbrizin o deyir, bütün varın yoxun əlindən almağa çalışır da. Amma onunla belə insanlar ona bir zəruri məsələ kimi baxırlar ki, Azərbaycanda bu olmamalıdır. Küçələrdə dilənçi filan buna bir çarə tapar. Bu zərurət. Yəni hər şeylə bağlı ola bilər. Bu sadəcə o necə deyirlər, böyük amac, böyük amal məsələsi də deyil. Elə 2 məhəllə, 3 məhəllə birləşib öz məhəllələ, mən adətən o üniversitede televizyon verilişlərində deyirdim, ay cəmaat, yolda gedirsiniz, əlinizdə bu kamera var, telefon var. Görəndə ki, o getdiyiniz asfalt dağılıbdır, tökülübdür, tamam da o şəhərdarı, o bələdiyyə ona şey eləmir, amma onun şəklini çəkin, yayın. Deyin, bak, filan küçədə, filan şeydə belə bir vəziyyət var və baxılmır. O da yaysın, sən də yay, bütün qonşu yaysın və hər halda onlar eləməsə də görünsün məsələ nədir. Yəni, bu anlamda hesab edirəm ki, müxtəlif amaclar əsasında təşkilatlanmaq mümkündür və vacibdir, zəruridir. Çox sağ olun. Sizin təşkilat, əlbəttə buyurdunuz necə quruldu. İndi soru budur. İstiqlalçıdır, federalçıdır, haqqı təyin servisçidir, nəçidir? Bizim təşkilatın dediyim kimi cəbhə. Mahiyyət olaraq budur. Yəni biz orada danışdıq ki, minimum haqlara inanan, onun əldə olunmasına inanan, yəni ana dilimiz və istiqlala inanan kəsim. Bu bizim hüquqlarımızdır. Millət olaraq biz bunu hak etmişik və bu bizim olmalıdır. İndi bu prosesdə biz deyə bilmərik ki, minimum haqla maksimum arasında təzad var. Bu bir yoldur ki, biz getməliyik. Yəni bir-birini inkar etmədən. Bu mənada İstiqlalçıdır yoxsa federalçıdır, nəçidir sizin təşkilat? Dediyim kimi, yəni bütün o kəsimləri, bütün o milli hərəkətdə mövcud olan Azərbaycan mərkəzli, baxın, İrançılığa meyilli, İran qalsın deyə, İran üçün, ay amandı İran əldən getdi, o vay-şüvəni eləyənlə işimiz yoxdur bizim. Azərbaycan mərkəzli düşünən, təşkilatlanan, o ideya uğrunda mübarizə aparan kəsimlərdən danışırıq. Bu bizim yəni, ümumi fəlsəfəmizdir. Əsli 15-i də qəbul edirsiniz, yəni əsli 15-çiləri. Əsli 15-çiləri içəridə fəaliyyət göstərən və ana dilimizin oxunmasını, rəsmi olmasını tələb edən. İndi o əsl 15-dir, 100-dir, 500-dir. O bizə, məsələ ondan, söhbət ondan getmir. Söhbət ana dilimizdə təhsil haqqı və bu hüququn verilməsi. İndi o bugün molla rejimidir, başqa rejim dəxli yoxdur. O müvəzzəfdir, onu rəsmiyyətdə tanısın. Ona borclu. Nə tür toplayacaqsınız? Yəni indi birdən minimum deyəndə, minimum maksimum. Yəni çox aşağı istəyənlə çox yuxarıda istəyən, burada nə cür bunları birləşdirəcəksiniz? Yəni o gərəkmir ki, birləşdirəsən. Cəbhədə bir amac üçün birləşdirilir. O amac nədir? Sən orada ortaq dəyərlər ortaya qoyanda, məsələn deyək ki, sən orada qoyursan ki, demokratik dəyərlər, demokratik prinsiplər, demokratik dəyərlər, insan haqları,
yani bu değerler senin ortak değerlerin olursa orada o hakka inanan Azerbaycan'ın da biz diyende ana dilimizi isteyir bəyəm onu verirlər. Vermirlər axı. Amma biz desək ki ana dilini istəyəni biz qəbul eləmirik. Onda nə olur? Parçalanma yarar. Yəni biz bu milli siyasi mübarizəni gərək ortaqlaşdırıb irəli Yox, götürək. mən bunun sonucuna baxıram Sadıq bəy. Bəli. Belə düşünün. Deyirəm ki, indi məsələn seçkilər var. Sizin təşkilat istəyir burada bir mövzu tutsun da. Bu mövzuda hamı müştərək olmalıdır. Siz o minimum ki burada tutacaqsınız ki, hamı bunu qəbul eləsin, bunun tərsini eləməsinlər nədir olacaq? Biz minimum tutmuruq. Biz minimumla maksimum arasındakı hamısını rəsmiyyətə tanıyırıq. Yəni bizim ana dilimiz bizim haqqımızdır. İstiqlal da bizim haqqımızdır. Kimsə bunu deyəndə ki, məsələn deyək ki, mən istiqlal istəyirəm. O ana dilini istəyən insana üstdən aşağı baxa bilməz. Bir dənə misal verin da, bir dənə misal verin. İntihabatda, bu seçkilərdə siz nə mövzu tuta bilirsiniz ki, hamının da yəni bu arada heç kəs qaçmasın partiyasıyla bu tipədə. Burada bilirsiniz məsələ necədir. Burada bir var siz bir siyasi mövqe kimə qarşı? Hakimiyyətə qarşı qoyursunuz. O sizin siyasi mövqeyiz və siyasi o buluğ siyasizdən, siyasi yetkinliğinizdən qaynaqlanan və siz Azərbaycan mərkəzli bir milli azadlıq hərəkatının təmsilçisi olaraq, təşkilatı olaraq, qurumu olaraq o siyasi mövqeyi onun əsasında qoyursan. Siyasi mövqe qoymaq bir başqadır. Milli hərəkətin içində olan o güclərin ortaq gücünü tapmaq, onun üçün uğraşmaq, onun üçün fəaliyyət göstərmək. Sizdən bunu deyəndə, ortaq gücü tapırıq nədən ötürü? Bir iş görməkdən ötürü. Məsələn, ortaq gücü bunu tapırıq ki, deyək ki, biz bir dənə böyük hərəkət yaradacağıq, amaca getmək üçün. İndi bu amaca, məsələn, istiyoruz ki, məsələn, intihabatı təhrim edək. Məsələn, bir siyasi amac üçün də bunların hamımızı toplarıq ki, minimumla maksimumun arasında istiyoruz güc yaradaq. Yəni, böyük güc yaradaq ki, bu böyük, məsələn, küpün götürək. Əvəzin ki, barmağımızla vuraq, küpün götürək, küpün ilə vuraq, bu divar yıxılsın. Əcəba, məsələn, intihabat kimi bir şeydə nədir? Hər kəsən özü bir mövzu qoyur, ya cibhə bir mövzu qoya bilir ki, məsələn, təhrim edirəm, ya gedin rəy verin, ya nəcür edirsiniz? Və mövqe qoya bilir. Cibhənin çünki prinsipləri var ki, Azərbaycan mərkəzli. Yəni, bizim məsələmiz Azərbaycandır. Siyasi mövqeyimiz də Azərbaycan üçündür. Yəni, siyasi mövqe qoyanda o siyasi mövqe tamamilə sənin o milli siyasi istəklərindən fərqlidir. Milli siyasi istəklərin uğrunda mübarizədən fərqli olmalıdır. Çünki sən öz içində mübarizə aparanda, yəni bütövlükdə biz Güney Azərbaycan deyirik. Bu Güney Azərbaycanda asimilə olmuş insanlarımız bəyəm azdır? Yox. Yəni ona o haqlarını bildirənə qədər sən türksən, o bir ayrı bir mərhələdir, ayrı bir süreç tələb edir. Amma rejimin oynadığı bu milli hərəkətlə bağlı siyasətə qarşı sən siyasi mövqe ortaya qoyanda o ayrı bir məsələ. Bunu buna qarışdırmaq heç lazımdır deyil. Yəni o... Yəni, baş tapmıram. Yəni, əslində düzünü axtarsa, mən bir şey tutmuşam ki, tamam, bir millətimizi ayırtmaq var. Burada hamımız birik. Tamam, hər kəsə olar. Amma indi mövzu siyasi tutmalıyıq. Yəni, bir siyasi mövzu tutmalıyıq seçkilərə görə. Məsələn, bu seçkilərə görə siz desiniz, rəy verməyin, içəridəkilər deyəcəklər, rəy veririk, parti bölünəcək, yəni cibhə bölünəcək əmələn. Əmələn cibhə bölünlər iki yerə ya da dağılar əslən. Siz burada nə edəcəksiniz? Məsələn, bu mövzəli, bu müşkülü... Yenə deyirəm, baxın, o siyasi mövqe qoyanda ortaya, sən o prosesin, sən öz millətin vəziyyətini, şəraitini, düşdüyü durumu, nə üçün deyək ki, bəzi proseslər baş verir, sənin fəaliyyətinə rağmen, sənin təşkilatı tutuma rağmen, onun təhlili ayrıdır. Bizim birinci bacardığımız nə olmalıdır? Gedən prosesləri, yəni milli hərəkətimizdə gedən prosesləri baltalamamaq, hər bir şəraiti fürsətə çevirmək, ondan güc toplamaq,
öz milli siyasi mübarizən üçün. Amma siyasi tutum olaraq sən məntiq qorsan, sən deyirsən ki, qardaş sən demokrasini qəbul edirsən, deyir bəli. Azad seçkiləri qəbul edirsən, bəli. Seçkidə seçib seçilmə haqqını qəbul edirsən, deyir bəli. Burada bu şəraitdə bu varmı? Deyir yox. Yoxdursa yox olan şey. Yəni adam deyir ki, gəlin seçkiyə qatılın İranda. İran adlanan ölkədə. Hər bir rəy, yəni rəhbərinə beyət eləmək. O anlamı verir. Aya bizim bugünkü ya o toplumun bugünkü şəraiti beyətdir və gərək ona o cür yanaşasan, ya sən qoymalısan ki, yox. Hər bir bireyin, hər bir insanın seçib seçilmək haqqı var və bu haqdan istədiyi vaxt faydalana da bilər, faydalanmaya da bilər. Onun da sənə dəxli yoxdur. Sən onu beyət adlandırıb, nizama dəstək, nizama məşruiyyət, nizama nə bilim nə anlamı vermə haqqın yoxdur. Onu eləyirsənsə, qələt eləyirsən. Yəni gərək onu ona deyəsən. Mən gic qaldım. Bunu mən baş tapmadım üstündə. Qalaq bunu keçək. Çünki mən bunu gərək cənabınızdan çox uzun danışaq, mən baş tapam. İki mərhələyə bölürsünüz və iki mərhələ. Mən baxanda görürəm ki, əslində siz mövqe tuta bilməyəcəksiniz. Belə görürəm. Məcbursunuz fəqət millətə ayıldasınız. Yəni millət ayılma səviyyəsinə çatır. Həm mövqe tuturuq, cəbhə olaraq mövqe tuturuq, siyasi mövqe. Həm də milli hərəkətimizi biz o milli siyasi proseslərin aşamalarına uyğun prosesin aparılması. Sadıq bəy, siz bu seçkilərdə mövqeyiniz nə oldu? Siyasi mövqeyimiz bu rejimin apardığı proseslərin seçki olmadığını və bunun Azərbaycan üçün, Azərbaycan milli siyasi mübarizəsi üçün, baxın, Azərbaycan mərkəzli milli siyasi mübarizəsi üçün, onun prinsipləri üçün heç bir fayda gətirmədi və ona müxalif olduq məsələsi. Onu qoyanda artıq bu rejimin oynadığı seçki oyununu sən durub dəstəkləyə bilməzsən. Bu siyasi olaraq baxışdır. Amma bunu sən millətə dirədəsən, deyəsən ki, yox, sənin də haqqın yoxdur, gedən nə bilim, bu günləri pəhləviçiləri və yaxud o şeyləri görürsün xiyabanlarda, döyüş, nə bilim, o onun namusuna, bu bunun nəyinə. Yəni, belə bir vəziyyətin yaradılması doğru deyil. Millətə o imkanları, yəni nə mənada? Millətə o şəraiti də sən yaradacaqsan ki, gedən o milli siyasi mübarizədə o aşamaları keçsin və yeri gələndə çox şükürlər olsun ki, millətimiz sözündə deyil. Yəni o, biz deyəndə Azərbaycan, bəziləri Azərbaycanı belə qəbul eləmir. Deyir, yox, Azərbaycan deyir. Sizin təşkilatın, yəni bu cəbhənin prinsipləri nələrdir? Hangi prinsipləri var? Prinsipləri o deyir, çoxdur, gərək onları oxuyam. Əsasən 12 maddəlikdir. Tamam. Birincisi budur ki, biz bu rejimi Xülasə desəz yoxdur. Bu rejimi, birincisi budur ki, bu Fars rejimini biz yəni bir rasizmi bir rejim olaraq, yəni rasizmi təmsil edən rejim və onun başında bu günlər Cumhur İslamı gedir. Onu özümüzə həm mane görür, həm düşmən elan etmişik. Yəni bugünkü o, təbii ki, onun o müxalif cəbhəsində olanlar da o İrançılığı, Farsçılığı və o rasizmi uygulayanlar da eyni şəkildə. İkinci vəziyyəti budur ki, bizim məsələlərimiz Güney Azərbaycan məsələsidir. Amalı, onun deyək ki, ərazi bütövlüyünün qorunmasıdır, ərazi bütövlüyünün sağlanılmasıdır və onun bir sekular dünyəvi dövlət şəklində formalaşdırılması istiqamətində mübarizənin aparılmasıdır. Yəni burada hər hansı bir dini, digər o ideolojilərin o prosesə müdaxilə edilməməsi və təbii ki, bunun içində fərdi ictimai hüquqların nə qədər önəmli olduğu məsələləri var. Dilimizin o məsələsidir, dilimizin rəsmi olması və o dildə medialarımızın olması, elmi, texniki, iqtisadi
faaliyetlerimiz o mesela istikametinde insanlarımızın o yaşayışı, kadın kişi beraber hukuklu olmalarının resmiyete tanınması, din, mezhep, meslek, inanç o şeyinden aslı olmayarak, yani durumundan, şeraitinden aslı olmayarak söz, mətbuat və digər o siyasi partilərin qurulması, ümumiyyətlə geyimi, keçimi, yəni insanlara o sərbəstliyin, şəraitin və onun rəsmiyyətə tanınması məsələsidir. Azərbaycan Milli Hərəkətində ümumiyyətlə edam gələcəkdə hər hansı bir o deyir formatda dövlət qurulursa, edam, işgəncə bu qətiyyən yol verilməzdir. Və biz bunu insan haqlarına qarşı bilirik. Və dediyim kimi o rejimin ümumiyyətlə Azərbaycanda apardığı bu demoqrafik yapının dəyişdirilməsinə qarşıyıq. Yəni o tərkibi cəmiyyətinin dəyişdirilməsi, Azərbaycanın ərazilərin bölüşdürülməsi, başqa ostanlara verilməsi, başqa nə bilim şəhərlərə verilməsi, bu məsələlər var. Və o eyni halda da bizim insan haqları o bəyannaməsini qəbul olunması, onun konvansiyonlarının rəsmiyyətə tanınması və eyni halda da bizim deyək ki, qoy buradan baxım görüm, fəaliyyətlərimizdə də təbii ki, onu da keçmək lazım deyil. Bir sıra o fəaliyyət istiqamətləri var. Və bu əsas önəmli Çok sağ olun. olanlar bunlar. Teşekkür ederim. Güzel. Her bir teşkilatın en önemli işi nedir? Hər bir təşkilatın ən önəmli işi təmsil etdiyi o fəaliyyətləri, yəni qoyduğu hədəflər və təmsil etdiyi, deyək ki, prosesin doğru təmsil olunması. Ən önəmli işi budur və onu təmsil edəndə o istiqamətdə necə sistemli fəaliyyət göstərəcəksən, o ortaya çıxır. Mənə elə gəlir ki, o nöqteyi nəzərdən məsələyə baxsaq daha Tamam. İndi etibarlı olur. Yəni o təmsilçilik məsələsi. Tamam. İndi bir təşkilatı qurmaq üçün hansı əsaslar lazımdır? Bu əsasların əsasında eləyə bilək ki, bir təşkilat quraq. Fikirləyin ki, məsələn, Günaz TV-də oturmuşuq. İstəyirik ki, içəridəkilərə öyrədək ki, nə cür bir təşkilat qura bilərsiniz? Əsaslar nə qoymalısınız, nə cür eləməlisiniz ki, bir dənə təşkilat qurasınız? İndi mənə elə gəlir ki, bu haqda çox ciddi işlər görülür. Yəni, maarifləndirmə işləri çox danışılıb bu haqda. Biz hər şey, mən belə başa düşürəm ki, insanlarımız daha çox mürəkkəbləşdirməyi xoş deyirlər. Belə PC'də olsun da, belə qarma-qarışıq olanda deyirlər ki, burada nəsə var. Lazım deyil o şeylər. Yəni, sadə olunca, yəni bizim hətta ailədə bir sıra yapılanma modelimiz var, ailə modeli də. Anadır, atadır, o necə deyirlər, 2 uşaq, 5 uşaq. Onların bir davranış biçimi var, yazılmamış qanunda. Mesela onu ana, ata birlikdə müdiriyyət edirlər. O uşaq bilir ki, bu evdə bu işlər olmaz, bu cür danışmaq olmaz, bu cür hərəkətlər olmaz. Bu yol verilməz. Bizim ailə tərbiyəmiz buna imkan verir. Bəzi ailələrdə var, o yoxdur. O deyir, dədə də söyür, bacı da söyür, qardaş da. Onlar da o cür qurur. Yəni, hətta biz bu modeli götürsək, görürük ki, bir sistem olur. Yəni, ailədə bir sistem var. Çünki o olmasa, o yazılmasa da o kurallar, qanunlar, qaydalar, o uygulanır. Uygulandıqca o insanlar, məsələn deyək ki, bilir ki, saat, misal deyirəm də, məsələn, saat 9-da evdə olmalıdır. Çünki evdə hamı 9-da yemək başında da oturub yeməyə gözləyirlər bunu. Yemək üçün hamı 9-da yeməkdədir, yemək başında. Ata da, ana da, bacı da, qardaş. Bu evin qaydasıdır. Yəni, deməyim odur ki, ən sadə bizim yaşam tərzimizdən öyrənib, sorun. Çünki onu eləməsən, o ev, ailə dəyər bir-birinə. Elə deyilmi?
Onun için o mümkündür orada yaşayasan. Ve günde min cür şey çıkar. Şimdi siz tabii ki bu toplumsal bir proseslerde biz sorunlarımızı necə həll edə bilərik? Və o sorunlar həll olunmasın deyə hansı maneələr var? Niyə qoymurlar biz? Deyək ki, mesela adam deyir ki, bu seçki debatlarında, mən seçki belə deyək də, dırnaqarası deyirəm, İran adlanan ölkədə, o qatil Pur Muhammədi deyir, mən götürdüm Vizarət Keşverdə olanda, Daxili İşlər Nazirliyində olanda, dedim ki, qardaş, bu NGO-ların vəziyyətini qanuniləşdirək. Bu necə olmalıdır, necə qurulurdu? Buna bir qanun qoyaq, ona uyğun da getsin. Deyir, mən elə eləyəndə, Səyid Cəlili deyir, mənim mavinimi çağırdı ki, siz istəyirsiniz burada inqilabi məxməli eləyəsiniz. Nə eləmək istəyirsiniz? Baxın, ha, təfəkkürə, zehniyyətə bax. O zehniyyət qoymur ki, Azərbaycanda ya başqa bölgələrdə minimum bir məsələ üstündə təşkilatlanasın. Heç nə yox, istəyirəm məhəlləni təmizləyək. Biz hər ay məhəlləmizi süpürəcəyik. Bütün məhəllə. Orada adamlar seçilir. 5 nəfərə bölürlər. Bir ay bu eləyir, bir ay o eləyir, bir ay o birisi eləyir. Və bu bölünür deyək ki, 12 bölmədirsə, 12 ayda hər ayda bir qrup o işi görür, birinci yaza düşür və dəyişir. Misal, o məhəllə təmiz qalır, yaxşı qalır, filan qalır, filan. Yəni, deməyim odur ki, bu sadəcə o düşüncədən irəli gəlir. Yəni, biz məsələlərimizi necə həll edəyək? Bəy, bu suala cavab verməyənə qədər, nə qədər amuzəş verirsən, ver. Mənlik deyir, adam fəxr edir. Deyir ki, mən fəxr edirəm ki, heç bir qrupa, təşkilata üz deyiləm. Yəni, çox belə möhkəm fəxr. Demək, nə demək istəyir o? Demək ki, sən heç nəyi çözmək istəmirsən. Amma gəlib, hər şeyə də müdaxilə edir. Niyə eləmədiniz? Və sən haradaydın? Sən niyə yoxsan ortada? Bilirsiniz, yəni, bu zehniyyətimiz dəyişməlidir bizim hamımızda. Və çox təəssüf ki, görürsünüz ki, təşkilatı qurmaq üçün əvvəl bir məsələ olmalıdır. O məsələnin dövründə toplanmalıdırlar və birləşməlidirlər, bir usul çərçivə üstündə işləməlidirlər. Yəni, o baxır, indi o məsələ ailədən başlayır, gedin nə qədər istəyirsiniz, onu genişlədin, müxtəlif sahələr və s. Bir də xahiş edirəm, biraz qısa desəz sualları yoxdurlar, çünki suallarımız çoxdur. Bildim. Sizin mənsub olduğunuz təşkilatın idarə sistemi neçə mərhələlidir? Mərhələli deyəndə bizdə bir idarə heyəti var. Bir də başqan var, qərarları idarə heyəti verir, müzakirələrdə idarə heyəti aparır və başqan o qərarların uyğulanmasında mükəlləfdir. Yəni, bu elə deyil ki, məsələn, başqan olsun, onun əmirləri. Yox. Orada hər şey səs verməklə qərarlaşdırır və o başqan onu uyğulayır və yaxud uygulamaq üçün deyək ki, göstəriş verir, belə desin. Sizin təşkilatın mədrəsəsi, okulu, təlim sistemi varmı? Məsələn, rəsmi halətdə insanlara təlim versin, ya üzvlərə, ya qeyri-üzvlərə. Rəsmi halətdə təlimlərimiz o cür desəm, biz bu Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi qurulanda onu Günas TV-dən 6 ay mən şəxsən onun bütün maddələrini, məramını, məsləkini, nizamnaməsini insanlarımızla paylaşdım. Bir sıra insanlar orada cəbhədə faal olan insanlarımızı dəvət elədim. O haqda söhbətləşdik, prinsipləri bir-bir danışdıq. Niyə bunu yazmışıq, niyə bunu demişik və hesab edirəm ki, bu da özü bir təlim formatındaydı ki, o indi onun iradı budur ki, məsələn, mən də Günazda işləmişəm, mənim də bərnamə, amma məsələn, silinib gedib, yoxdur indi internetdə. Ya məsələn, adamlar axtarıb tapmaq. Amma bir məsələn, fərzən parti, cəbhənin bir mədrəsəsi var, ya bir şeyi vardı, insan deyir ki, mən gedirəm oradan
mesela baxaram müəllimlərinə ya öyrətmənlər görüm nə deyirlər. Kitabları var, kitablarına baxaram, yazıları Doğru, var, yazılarına baxaram. Yəni belə doğru. bir sistem var mıdır Doğru. yoxsa elə televizyona baxır? Yo, deməyim odur ki, yani bu dediğiniz sualın ne kadar önemli olduğunu vurgulamak istedi. Ki o prosesleri biz insanlardan talep edirik. Mesela gelin teşkilatlara koşulun falan falan ama gerek o prosesi öğretesen, onu təlimləndirəsən. Biz üç aşamalı kadrlaştırma, təlim programı hazırladıq. Müəyyən vaxt oldu ki, imkanımız oldu o təlimləri apara bildik bir sırasını. Amma çox təəssüf ki, bəzi imkanlardan, çatışmamazlıqlardan dolayı o davam eləyə bilmədik. Onun bəzi aşamalarını biz həyata keçirə bilməmişik, amma proqramımız vardı. O necə olmalıdır? Birinci aşama nələri içərir, ikinci, üçüncü və s. Sizin təşkilatın yazılı ideolojisi var mı? Nə mənada? Yəni yazılı ideoloji. Bizdə nizamnamə var, məramnamə var, əgər onu qəsd edirsiniz. Amma yazılı ideoloji deyim mən. İdeoloji bilirsiniz de her şeyin bir ideolojisi olar. Mesela tamam, mesela Marx'ın bir ideolojisi var, İslam'ın bir ideolojisi var. Ne bileyim falan bir yana sistem kurur. Bir şey bu sistemi mən verirəm. İnsanlar bunu oxuyandan sonra özləri yolu baş tapırlar ki, mən bu partinin izbi olanda bu işləri görəcəyəm ya bu işləri görməyəcəm. Düşüncəm beləsi olacaq. Mən bunun çərçivəsində məsələn fədailərin özünün İran desək, fədailərin bir şey var, Tudənin bir ayrısı var, mesela Mücahidinin bir ayrısı var. Bunlar birbiriyle fərqliliklərini da bilirlər. Bilirlər də ki, nə yolunda çalışacaqlar, ya necə çalışacaqlar, hamısını bilirlər, fərqli. Ona görə də heç nə təmsil eləmirlər. Ona görə də elə hamını bu günə salıblar da. O ideolojilər elə olur. Hər halda sizin ideolojiniz var ya yox? Bizim ideolojik əgər o ideya, milli ideya olaraq məsələyə baxsa, bizim milli ideyamız Azərbaycanın bağımsızlığı, gələcək Azərbaycanın özgür yaşamasıdır. Bir millətin iradəsini ortaya qoyan məsələ. Burada çox fərqlidir. Məsələn, Marxdan, nə bilim, Lenindən, ondan, bundan, Tudədən filanlar. Onlar öz düşüncələrini gətirib topluma sırıyırdılar. Toplumu ona məcbur edirlər. Sizin de bir şey var mı? Yox, yani mesela yazılı, mən İnsafəli Hidayət istəyirəm görüm ki, bu cəbhə filan konuda nə cür düşünür? Filan konuda, mesela təlim sisteminə nə düşünür? Deyir ki, nə cür təlim olar, məsələn. Hətta çoxlu suallar soruşacağım. Bu suallar əslində ideolojidir. Burada nə mənə ki, əvvəldən başlıq, axirəcən, bunların hamısı sizin ideolojinizi çıxıdacaq axirdə şey ki, bu parti mədrəsəyə nə cür baxır, üzvə nə cür baxır, kitaba nə cür baxır, yazıya nə cür baxır, tarixə nə cür baxır, coğrafiya. Bunların hamısı sizin ideolojiniz sonu. Amma bir yazılı bir şeyiniz var mı? Mesela 100 səfə, 200 səfə, 500 səfə ki, bunu hər şey soxsa bizi tanıyan. Bizim yazılı demək ki, yenə deyirəm, siz əgər o cür düşünürsünüzsə, bizim məsələyə baxışımız sizdən yerlə gözət fərqlənir. Siz tamamilə başqa cür baxırsınız, biz başqa cür baxırıq. Siz nə cür baxırsınız? Biz milli ideyanın millətin içində formalaşması məsələsinə, millətin o necə deyərlər, o prosesdə iştirakını nəzərdə tuturuq. Amma onun üçün sizin yazılıdır ki, nə cür başlayacaqdır, hardan başlayacaq, hara gedəcək? Bir sıra bizim dəyərləndirmələrimiz var. O təbii ki, o bayaqları mən dediyim o əsasnamə və nizamnamə sürəcində biz prinsipial mövqedən məsələni. Bir var, siz əsasnamə yazırsınız ya nizamnamə yazırsınız, sadəcə texniki məsələləri qoyursunuz. Bir də var ki, bir sürəcin necə, hansı dəyərlər üzərində getməlidir, onu qoyursunuz və nəyi rəsmiyyətə tanıyırsınız. Məsələn, deyək ki, biz orada məsələn, orada olur ki, sizin məramnamə bu olur da, məramnamədə yəni biz nə istəyirik, xülasə 10-15 maddədə, ya çox olsa bir 40 maddədə kollən qoyuruq bunu ki, biz bunları istəyirik.
millətimizi də burada bunları, yəni indi bu nə cür hardan başlanacaq, hara gedəcək, nə cür gedəcəkdir, prosesdə müşkillər çıxsa, məsələn, bunları nə cür həll, indi deyək ki, məsələn, siz deyirsiniz ki, biz sekular bir sistem. Bu sekular bir sistemi İranın içində şiə bir millətdən nə cür, hangi əhrumlarla nə cür aparacaqsan, bu özü bir ideolojik məsələdir. Yəni, bunu açıqlamaq lazım. Yəni Və əlbəttə ki, o prosesin, yəni əgər buna bir ideolojik yanaşma ilə deyirsinizsə, çünki ideoloji deyəndə bilirsiniz necədir? Mən biraz fərqli baxıram ona. Ona görə də sizin yanaşmanıza biraz fərqli yanaşıram. Gözəl. Biz milli azadlıq hərəkatından danışırıq. Milli deyəndə millətdən söhbət gedir və o millət o prosesin parçası olmaq zorundadır. Ki, biz milli deyəndə millətdən söhbət gedir və hangi millətdən söhbət gedir, hangi coğrafiyada? Bu yazılıdır məsələn. Əlbəttə ki, onlar yazılıdır. Yəni, hansı millətdən söhbət gedir? Bizim milli siyasi fəaliyyətimiz Azərbaycan mərkəzlidir, Azərbaycan məhvərlidir. Millətimiz nədir? Onlar hamısı öz şeyləri var. Təbii ki, mən qısa söhbətdə onları demirəm deyə, o demək deyil, yoxdur. Amma biz bir fikri insanlara dayataq. Bir də var, məsələn deyək ki, insanlar o fikrə gəlir. Amma o öz-özünə də gəlmir ki, o sualı yaradırsan, o problemi deyirsən, o sorunu ortaya qoyursan. Yəni, bizim... Sadıq bəy, beləsi deyim. Fikir buyurun ki, mən Təbrizdiyəm, ya Ərdəbildiyəm, ya Zəncandiyəm, ya Tehrandiyəm. Eşidirəm ki, bir dana bir şey var, adına dilə manqurtluq. Olan bu çox pis bir şeydir. İstəyirəm görüm ki, bir dana da dilə parti var, Azərbaycan cəbhəsi. Bu görüm ki, bu manqurtu nə deyir, nə mənə dəslə. Yəni, çox sadə deyirəm ha. İndi mən istəyirəm, axtaran bir yazı tapam, oxuyam. Şəfahi adam deyil. Mən elmi adamam. İstəyirəm ki, bir lekçör görəm, bir yazı görəm. Deyəm ki, burada oturacağım, burada kəlmə-kəlmə bunu ölçəcəyəm. Bu nə deyir? Ağlımla bunu ölçəcəyəm. Yoxsa məsələn, gəlir televizyonda danışır, sabahları deyirsən ki, filan şey, mənim mənzurum ayrıdır. Yazıda bunu deyəmirsə mənim mənzurum ayrıdır. Amma şəfahidə heç çevirə bilərsən bu yüzdən o yüzdən. Ona görə deyirəm, yazılı bir şey var mıdır? Məsələn, mən istədim manqurt biləm sizin nəzərinizdə nədir? Məsələn, var mı? Çox doğru deyirsiniz. O məsələlərdə o dərin ideolojik işlərin, yəni bu mənada ideolojik işlərin görülməsi. Mən məsələnin bütövlüyünə baxanda mənim o fikrim. Amma o hər bir sürəcin, hər bir o problemin çözümü üçün doğru, sistemli, elmi yanaşılma məsələsi təbii ki, bizim də nəzərimizdə var. Müəyyən mənada işlər görülüb, amma kifayət deyil və hesab edirəm sizin o dediyiniz çox doğrudur ki, onlar əvvəliyyət bəndi olmalıdır. Onlar nələr bizə lazımdır və necə o həll olunmalıdır məsələsi. Yoxdur, yəni fiilən yazılı bir şey yoxdur. Yoxdur deyə demirəm, amma sizin dediyiniz düşüncədə də hər şey vardı da demirəm. Çünki o cür desəm doğru çıxmaz. Təşkilatınız, sizin təşkilat mali olaraq necə təmin olur? Bizim təşkilat mali olaraq üzvlərin və bir sıra bizim dəyərli dostlarımız ki, biraz daha imkanları yaxşıdır, onların yardımları ilə və adətən belə deyək də, seminarlarımız və yaxud bir toplantılarımız da olursa, o toplantı iştirakçıların elə özlərinin yığdığı yardımlarla olur. Və könüllüdür. Yəni biz burada maaş alıb işləmirik. Gözəl. Siz özünüzü, yəni sizin təşkilat mənzurunda Azərbaycan Partisi və təşkilatlarının birinin lideri kimi, əgər lideriniz varsa görürsünüz və yoxsa özünüzü, partini və lideri Güney Azərbaycanın lideri kimi görürsünüz? Yox, biz belə bir şeydə, yəni mən şəxsən belə deyiləm. Mən özümü bir faal görürəm və sadəcə
elədiklərimi vətənə borc kimi görürəm. Başkanı Təşkilat nedir? Partinin təşkil başkanı necə başkan görürsünüz? olaraq biz başkanı lider kimi görmürük. Çünki orada idarə heyəti və başkan da onun içindədir. Onun eyni hüquqlara, eyni səsə malikdir ki, bizim səsimiz var. Və ona görə də biz bərabər hüquqlu bir şeydir və millətə də özümüzü lider göstərmə fikrimiz olmuyor. Yəni o cür yanaşmırıq. Çünki burada o lider deyəndə biraz fərqli, bilirsiniz də, həm də mənfi anlamlar yükləyənlər var bu prosesə. Çünki toplumsal hərəkatlarda hərəkat özü bir sıra təcrübələrdən yola çıxaraq Yəni o inanırsınız ki, lidersiz bir hərəkət müvəffəq olar? yox, mən o cür demirəm, amma mən deyirəm ki, o deyir effektiv bir kollektiv beyin mərkəzinin olması, yəni effektiv olan, faydalı beyin mərkəzi. Yəni milli hərəkətin boyutu nə qədərdir? Ona uyğun beyni olmalıdır. Yəni bu cür. Yəni o beyin və onun effektiv Ben bunu diyeyim ki, yanaşması. İran'da Sadık Bey, İran'da 2-3 şeyi bizə pis eləyiblər və biz bunu pis düşünürük. Biri budur ki, lider dövrəsi keçibdi. Biri budur ki, ideoloji dövrəsi keçibdi. Biri də budur ki, gəlirlər bunlar dövlət rəis cümhur ola, vəzir ola, onun davasıdır. İndi sizin təşkilat bu cəvvə məğlub olubdur, yoxsa deyir ki, lidersiz, imkansızdır müvəffəq olasınız. Hamısı necə edirsiniz? Yox, biz ona məğlub da olmamışıq. Yanaşmamız fərqli. Yəni siz ideoloji dediniz, mən dedim ki, bizim milli ideyamızın boyutu, böyüklüyü bunu tələb edir ki, milli iradə orada öz sözünü desin. Onun iradəsi əsas götürülməlidir. Amma gəldi o xırdalıqlara, dedim bəli, burada o ideolojik yanaşmalarda bunlar da olmalıdır. Yəni rədd eləmirsən o prosesi. Lider məsələsi populizmə gedirik da, onda populizmə gedirik. Yəni istəyək, istəməyək populizmə məsələn necə olur populizm? Məsələn, ki, avam nə istəsə biz də onların dalısıcan gedəcək. O halda ki, biz ürətməliyik və aparmalıyıq. Toplumu eydən diyə aparmalıyıq. Partilər bu işi görməlidir. Təşkilatlanırsan ki, o kütlənin içində təşkilatlanma nədir? Bayaqları sizin o dediyiniz gəldik o detallara da. Təşkilatlanma nədir? Necə o proseslər? Nə üçün? Amacın nə olmalıdır? O amac getdikcə hansı o gərəkliyində necə deyirlər, özünü doğrultmalıdır, nələrə ehtiyacı var və s. Onu öyrədə onun iradəsinin təmsil olunmasını ortaya qoyursan. Yoxsa əvam fəriqi olanda deyəcəksən, ayda filan kəs göründü. Yox, əvam fəriqiyə getmirik. Populist olmaq o deyil. Populist olmaq bu olur ki, millətin dalısıcan gedirsiniz. Qabaqda yolu açıqmırsınız, millət gəlsin. Amma o ideoloji dediyim budur. Məsələn, deyirsiniz ki, rəhbəri tərif edirsiniz, ideolojini tərif edirsiniz, filan bəhman. İnsanlar bilirlər ki, məsələn, bu təşkilat deyir, rəhbərsiz ya rəhbərli. Bunu beynində ayırdır. Və o deyir ki, tamam, məsələn, rəhbərsiz olsaq bunlar hangi sistemlə bu millətə dövlət quracaqlar? Çünki bu zehnə gələcəkdir, mən də soruşacağım. Bu hangi sistemlə istəyir dövlət qurar? Nə cür aparacaqdır? Məsələn, bilirsiniz, o ideoloji bunu mənə açıqlayır. Yəni siz deyirsiniz ki, məsələn, deyək ki, biri özünü lider göstərsə, ya lider onu liderçilik eləsə, o toplum onu qəbul eləyəcək, ya məsələn, qəbul eləyir. Mən bunu demirəm. Mən bilirəm ki, İran təbliğatında, çünki dövlətin qrupdur, indi sizə neçə şey faydasız. Deyir, inqilab yaxşı bir şeylər. İndi baxın, tamamən İranda deyirlər ki, əsl inqilab dərdə dəyməz. Əsl inqilabı ötürür. Niyə? Özü inqilab edib dövlətin qrupdur. Özünün ordusu var, silahlı gücü var. Bir silahlanmaq pis bir şeydir. Filandır, bəhmandır, terror da onun yanına yapışdırır. Nə bilim, özünün lideri var, amma sənə deyirsin, lider çox pis bir şeydir. Olan nə? Lider dövrəsi keçibdir. Özünün ideolojisi var, sənə deyir ki, ideoloji olmaq çox pis bir şeydir. Və biz də mütəəssifanə, mən özümü deyirəm, cənab Zürlə təbii ki, cəsarətim yoxdur partilərə. Amma məsələn,
bizim millətin də zehnində bunu gətirib də biz İran fars düşüncəsi ilə düşünürük bəzən. Çoxumuz. Məsələn deyirəm, bir dənə təşkilat var, adı Sazman-ı Mücahidin Xalq İrandır. Məsələn, heç kəs bunun İran dövləti deyib ki, heç kəs bunun adını gətirmir. Hamı deyir ki, münafiqlər da ayrı bir adını deyirlər ki, hər halda o İranın dediği gözünə baxırlar. Biz əcəba, Sizcə məsələn, ancaq liderlik elədir. İranın gözünə baxırıq. Yox. İndi bura gələcəm, sorun budur. Sizcə ancaq elədir. Yəni Nə mənə? yəni o ki elə məsələn bu rejim bütün o çünki rejimin apardığı ideolojik təbliğatların həm də başqa mənada bir tuzağı var. Özü indi o tuzağın içində çabalayır. Düşüb onun içinə. Yəni o da var axı. Yəni Xumeyniyə dünənə kimi deyirdilər belə. İndi Xumeyninin nə qədər məsələn o toplumun Yox da içində indi məsələn dəyəri bu var. bəhs əlbəttə bu bəhsi mən sizdən soruşacağam. Siz mənə cavab verəcəksiniz. Yox, Amma məsələn o şeydə məsələn İranda indi bəhs nədir? Əsli bəhs riyasət cümhuriyyətdən sonra budur ki, rəhbər kim olacaqdır? Xameneinin oğlu olacaq yoxsa ya baxın lider sözüdür orada. Bilirəm, siyasi quruluş başqadır. O siyasi quruluşda istəyir təmsil olunsun. Amma siz bu günlər baxın, Xumeynidən sonra bu Xameneyi nə günə düşdü? Xameneyinin rəhbərlik o iddiası və onun uyğulanması silah, pul və digər güclərlə olur da. Yəni Hər halda bu günlər İranı indi 30 ildir, neçə ildir liderlik edir də. Yəni bu qəbul eləməlidir. Yəni o sistem var. İndi bizim mənim sizdən sualım budur. Mənim sualım sizdən budur ki, mən indi sizdən sualım budur ki, siz məsələn elə bunu rəsmən soruşdum da bunu. Dedik ki, siz özünüzü indi Güney Azərbaycanın bir başkanınızı Güney Azərbaycanın lideri görürsünüz yoxsa partinin lideri görürsünüz? Ya görmürsünüz heç? Biz qurumun başkanı olaraq görürük. Tamam. İndi liderlik haqqında nə düşünürsünüz? Yəni bu lider sözü, rəhbər sözü var. Siz bu qavramın haqqında nə düşünürsünüz? Sizin partiniz bu düşüncəni necə görür? Bizim düşüncəmizdə kollektiv, yəni birlikdə bir işin, yəni beyin mərkəzinin bir işi görməsindən danışırıq. Yəni ona axı deyirlər şey, otağı, fikir otağı. Amma indi mən soruşduğum budur. İndi siz ya qəbul eləyəsiniz ya eləməyəsiniz. Bir dənə analiziniz var. Rəhbər və lider sözündən, qavramından. Analiz nədir o sözü? Qəbul edirsiniz? Milli iradə onunla təmsil olunursa, milli iradə, o liderlə təmsil olunursa, o lider. Vəssalam. Tamam. Sağ olun. Gözəl. Yəni, nə deyim? Sizin önərdiyiniz bayraq var mı? Ya var mı belə bir şey? Yox, bizim önərdiyimiz bayraq yoxdur. Yəni, yoxdur elə bir şey. Güney Azərbaycan Milli Hərəkatının bir bayrağı olmağı düşünürsünüzmü? Bu haqda yəni hərəkət bayrağı olaraq bu haqda çoxlu söhbətlər gedibdir. Bir sıra razılaşmalar da olub bu təşkilatlar arasında və Gəmacın da yəni belə bir o razılaşmalarda iştirakı var. Amma o gedən sürəcdə artıq o prosesin özü təxribata uğradı. Yəni bir sıraları onu artıq ortaq yox götürdülər, özlərinə çıxdılar və özlərini artıq ondan təmsil eləyirlər və deyirlər ki, bu bizimdir. Yəni bizim də olandan sonra o ümumi təmsilçilikdən otomatik çıxır. Yəni problem orada. Yəni indi siz bir bayrağın olmağına inanırsınız ya yox? Bunu mən soruşmaq istəyirəm. Hərəkət bayrağı, yəni hərəkət bayrağı, milli nə bilim keçici dövrün, savaş dövrünün bir bayrağa inanır mısınız? Yəni hamının təmsil, yəni yenə deyirəm, o hamının qəbul elədiyi, hamının amma qəbul edib ortaq amac üçün qəbul elədiyi. Yoxsa mənimdir, siz də qəbul eləyin, o alınmır da. Yəni bilirsiniz nə demək istəyirəm. Amma ortaq amac üçün siz qəbul edirsiniz də bir dənə bayraq olmalıdır. Olursa o deyir nə əla, o deyir neçəsi olursa. Yəni söhbət ondan gəlir. Məsələn deyək ki, traktorun bir
rengi var, bir bayrağı var, her ne, bir temsil, bir şey onu temsil ediyor. Üstüne de bir tane traktör çekipler. Öyle değil mi? Onu bütün insanlar götürür. O onu temsil edirsə ve insanlar onu kabul edirsə, o odur. Yox, Ama sizin parti, sizin cephenin yəni nəyi? Yəni baxın yenə də getiririk müşkül ideolojikə. Sonunda yetişirik ideolojinin yok, müşkülünə. burada Olmaması. gelirik demokrasiye. Siz ben demokratik prosesi deyirəm. Siz onu Yox, ideolojiləşdirəndə yox, mən sizin partidə demokrasinin bir anlamı olmalıdır. Sizin partiye ya sizin təşkilata özel bir anlamı olmalıdır. Bayrağın da bir anlamı olmalıdır. Bilmirəm, bəlkə olmalıdır, bəlkə yox. Onu soruşuram. Sizin parti bayrağı necə düşünür? Yəni bir yani bir məsələn, devlet bayrağıdırsa bizim devlet bayrağımız bellidir. Azerbaycan bayrağıdır. Azerbaycan'ın yani üç renkli devlet bayrağı bizim için bizim devletçilik temsilçiliğini eləyən bayraq o bayraq. Devlet temsilcisi. yəni indi onu məsələn siz onu götürüb o xiyabana çıxıb şüar verə bilər misiniz? Onu kütlenin içinde, beyninde otuzdursan o da olar. Olmalıdır da. Ola da. Yani hiçbir sorun değil. Ama Yəni siz ama gerek onu ayrı cür ona yani mesela diye ki bir sıra o başka etnikler yox, məsələn siz indi cəbhə olaraq deyirsiniz ki, bizim Azərbaycanda 14 nəfər etisab qəzi aclıq aksiyasına girib, canları xətərdədir. Sazman emilərə o bayrağından bir şey yazırsınız. Deyirsiniz ki, o bayrağı, yəni dövlətlik bayrağın, Azərbaycan Cumhuriyyətinin bayrağını qoyursunuz kağızın başına, yazırsınız ki, bizim 14 nəfər aclıq aksiyası eləyib, zindanlarda məhkumdular. Bakın siz ben deyirəm ki devlet temsilciliği o başka bir şeydir. Sizin dediğiniz siyasi faaliyette, milli mübarizede ortak bir simge. Tamam. Simgenin ortaklaştırılması ama ortak simge hamı onu ortak kabul ediyor. Yox, yox. Ben millet de Hatta onu ortak yox, kabul baxın, ediyor. yox, mənim sualıma bəs mən tərsə demişəm. Üzr istəyirəm. Bəli. Üzr istəyirəm. Bəlkə mən yox, sizin parti bayrağı necə düşünür? Bizim- Yəni bir bayraq olmalıdır, olmamalıdır, sizin öneriniz vardı, yoxdur. Bizim yani hareketi temsil edilen temsilci bir simge olmalıdır. Ama o simge ortak olmalıdır. Yani hamı kabul eləməlidir. Mən eləyə bilmərəm. Deyəm ki, bu mənimdir, mən çıxartdım. Siz də qəbul edin. Olur dirətmə. Biri qəbul edir, biri qəbul eləmir. Problem. Amma ortak, hamının qəbul eləyəcəyi bir simgenin olması gözəldir. O işin o Necə ola vaciblərindən. bilər? Hamı qəbul eləsin bir simgəni bu şəraitdə. Diyalog, müzakirə, ortaklaşıb fikir əsasında o gedən prosesin reallığını, hökmünü qəbul eləməklə. Sağ olun. Gedən prosesin hökmünü gərək qəbul ediniz. Gözəl. Dünya Azərbaycanlıları və türklərə, sizə və siyasətə maraqlı olanlara sizin təşkilatın amacların, istəklərin, planların və sairəni oxuyub tanıması üçün hangi kanalları və yolları açıbsınız? Bizim sosyal medyada hem Instagram'da hem Facebook'ta hem de saytımızda yani bilgilerin yerleştirilmesi vardı. Nizamname, məramname, hədəflər orada hamısı yerləşdirilibdir. İnsanlar ümumiyyətlə bizə üzvlük haqqında da yazanda biz onu onlara göndəririk. Birinci xahişimiz bu olur ki o bizim məramnamə ilə, nizamnamə ilə, fəaliyyətlərlə tanış olsunlar. Qəbul eləyəndən sonra o diləkçə göndərir, ona form göndərir, o formu doldurur və sonra da o form, yəni o diləkçəyə əsasən Sonra o işə baxılır. bunları soruşacağım sonra. Amma elə istədim görüm ki, web saytınız, kitabınız, ruznameniz, bu cür bir şey var ya yoxdur. Radyo, televizyonda bərnaməniz var ya yox? Partinin bərnaməsi var mı? Bir ara biz Günas TV'de zaman almıştık. Bir 6 ay bir faaliyet gösterdi. Bir dəfələmsə bir 2 ildə bir faaliyet gösterdi. Ama indilikdə hələ ki yoxdur. Hangi vasitələrlə, yollarla Güney Azərbaycanlılar ilə gündəlik əlaqə bağlanırsınız?
sosyal medya üzerinden yani toplumla deyirsiniz ya o cür Bəli, tez. bəli, bəli, bəli. Esasen gündelik biz sosyal medya üzerinden yazılarla, müəyyən o video çarxlarla ve müsahibeler ki çıxır, fikirlər ki çıxır, onlarla yəni insanlarımızı eləyirik və Hangi təbii ki dildə ayrı-ayrı normalde yazıları hangi dildə olur? Azərbaycan türkçəsində biz əsasən yazırıq. Far Latin ya ərəb əlifbası? Latincə yazırıq, sonra ərəb əlifbasına çeviririk, həm də fars dilinə çeviririk. Yəni Tamam. gərəkirsə əlbəttə. Fars dilinə çox da şey, amma bəzi olur ki, məsələn, biz onu farsçaya da çevirmək zorunda qalırıq. Amma Gözəl. Sizin üçün üstünlük bizim Azərbaycan türkçəsində. gözəl. Yəni istirdim belə soruşum. Əlbəttə bunu soruşmayacağam, amma sizdən soruşum. Yəni heç kəsdən soruşmamışam. İlləti də budur ki, bizim millətimizin bir çoxu türkcəni və latincəni oxuya bilmirlər. Yəni mən özüm məsələn zorluqla oxuram. Oxuram, amma nəinki oxumuram. Amma zor. Ərəb əlifbası ilə məsələn mən çox sürətlə farsdan hətta sürətlə oxuram. Amma latinə gələndə düşürəm oxuma. Bir də o süreci biz də keçmişik. Onu istəyirəm ki, yəni milyonlar var ki, məndən də zəifdirlər. Biz məcburən ərəb əlifbasına keçiririk, çünki görürük ki, məsələn deyək ki, latin əlifbasında qoyuruq, deyək ki, 100 nəfər baxır. Ərəb əlifbasında onu çevirib elə ana dilimizdə yazanda məsələn 300 nəfər baxır, 400 nəfər, 500 baxır. Yəni o çox təəssüf, yəni belə bir durumumuz var, amma bu tərəfdən də öz dilimizin yəni bu alternativ də var. Bilirsiniz, birinə də məhkum eləmək özümüzü, o da alınmır da. Doğru. Hətta fars dilindən də istifadə etmək günah deyil. Yəni biz millətimizə ayırmaq, hər əbzardan, hər imkandan faydalanmalıyıq da millətimizə ayırmaq. Təbii ki. Biz Urmu gölü ilə bağlı məsələn sənədlər hazırladıq. 125 səhifə yazılı. Hamısı ingiliscə sənədlər o dildə çevrildi. Yəni gərəkirsə ingilis dilində, gərəkirsə fransızca, gərəkirsə. Təbii ki. 3 dənə qavramı danışdırıram, bir-birinin dibində kəlmələri qoyuram. Siz bunlardan hansısı sizin ən önəmli stratejisi ya siyasətinizin mərkəzin, partinin, təşkilatın siyasətin mərkəzində qərar tapır? Bir, İranlılar, İran türkləri, Azərbaycanlılar və Azərbaycanlılar. Bu üçdən hansısı sizin stratejinizin mərkəzində qərar tapır? Bizim üçün Azərbaycan. Gözəl. Sizin ən önəmli siyasi stratejiniz ya üstün amacınız nədir? Ən önəmlisi? Ən önəmlisi bağımsız dövlət qurmaq. Güney Azərbaycan bağımsız dövlət qurmaq, yoxsa iki Azərbaycanın bir olması? O növbəti sürəcdədir. Çünki o dövləti bayraq ki dediniz, ondan bunu biraz qoyanda bir-birini çalışır. Ondan sonraki sürəcdə o artıq dövlətin qərarı olur. O da şeydən çıxır. Yəni bir parti, bir təşkilat, bir nə bilim cəbhənin şeyindən çıxır. O bir dövlətin qərarına çevrilir. Çünki onun parlamenti var, məhkəməsi var, anayasası var və. Ya artıq o prosesin öz mahiyyəti dəyişir. Burada birinci bölümü soruların sizdən soruşdum. Geçirəm ikinci bölümə. Dövlətlər, düşmən, dost, rəqiblər başlığı altında sorular soruşacağım. Dövlətlər ilə sizin təşkilatın ilgisi hangi usul üzərinə qurgulanır? Dövlətlər. Məsələn, deyək ki, İran adlanan ölkə və onun farsçılığı təmsil edən İslam rejimi bizim buna münasibətimiz, onun bizə olan münasibəti nədirsə, biz də münasibətimizi o şəkildə. Yəni, o bizim məhv olmağımızı istəyir, bizim varımızı, yoxumuzu çalıb çapır və bizə haqsızlıq edirsə, biz onu özümüzə yəni işğalçılığı təmsil eləyən, bizim milləti soyqırma uğradan bir düşüncəyə malik, siyasətə malik
bir dövləti biz təbii ki düşmən olaraq görürük. İndi O birisi dövlətlər o birisi dövlətlər də yenə deyirəm, o baxır sənə münasibəti nədir? Sənin millət onların və münasibəti hər nə olsa siz də o münasibətə Bəli. qarşı. qarşılıqlı. Yəni onun münasibətindən asılı olaraq. Amma biz heç bir milləti, heç bir dövləti durduq yerdə özümüzə düşmən elan eləmirik. Dünya üzərində olan dövlətlərə necə baxırsınız? İndi dövlətləri necə bölürsünüz özünüzün mövqeyinizdə? Dövlətlər, yəni dövlətlərin o deyir fərqli yanaşmaları var da. Yəni biri özünə demokratik, yəni demokratik deyəndə indi biz baxırıq bir sıra demokratik dövlətlər var, bir sıra totaliter rejimlər var, bir sıra o belə yarım demokratik dövlətlər var. Birazı demokratikdir, birazı deyil və s. Yəni müxtəlif dövlətlərə bölə bilirsiniz. Yəni o ayrı-ayrı dövlətlərin indi şəraitinə görə. Amma bütövlükdə hesab edirəm ki, bir sıra dəyərlər var. O dəyərlərin üzərindən çıxanda o gələcəkdə sən münasibəti onunla necə quracaqsan, o dəyərlərə baxır. Sən hansı dəyərlər məsələn nədir? Nələr dəyərli? Məsələn deyək ki, siz düşünün ki, məsələn bir ölkə ki, az yaşlı uşaqları fəhləliyə zorlayır. Misal. Ona o uşağı təcavüz edirlər. O uşağın başına, o uşağın orqanlarını satırlar. O uşağı silahlı dəstələrdə, savaşlarda... O məmləkətin, o dövlətin iç məsələsidir. Yox. İnsan haqları sizi bağlayır mı? Yox, mən indi elə sözümü ona gətirəm. Biz əgər insan hüquq və azadlıqlarına, insanın o dəyərlərinə inanırıqsa, yəni o dövlətin öz vətəndaşına o baxışını o meyar dəyərlərlə ölçüb ona münasibət göstərir. İndi onun iç işidir, çölüşüdür, məsələ deyil. Yəni o belə deyək də, sivil dünyanın, bugünkü dünyanın, modern dünyanın insanlığa baxışı, dəyərləri nəyi oluşturursa, onun ziddinə olanlara da təbii ki biz normal münasibət bildirə bilirik. Siz bir siyasi partisiz, amma dövlətlər belə baxmırlar. Dövlətlər otururlar, deyir ki, mənim bir milli mənafeyim var. Mən o dövlətin iç işləri nədir? Qatışmıram. Əslində mən təsir eləməz. Mən milli mənafeyimi axtarıram. O halda ki biz bir işğal olan bir millətik, torpağımız, beynimiz işğal olubdur. İndi bunu dostlarım bilirlər, keçənci proqramda dedim beynimiz işğal olub, üstündə savaşa getdik. Bərnaməni çəkdik, bağladıq. Yox, bizim beynimiz, məmləkətimiz işğal olubdur. Məsələn, istirik Ərəbistanla rabitəyə girək, orada məsələn oğrunun əlini kəsirlər. Biz indi deyək ki, bizim milli mənafeyimiz odur ki, onun içəridə əlləri kəsirlər, biz onunla nə cür edirik? Baxın, o şəriət qanununu məsələn bir ölkə kullanır, uyğulayır filan başqa. Amma həmən Ərəbistan deyək ki, Ermənistanın işğalçı siyasətini qəbul eləmir. Azərbaycanın o zamana qədər ki torpaqları işğal altındaydı, Ermənistanı rəsmiyyətə tanımırdı. İndi də istəyir Ermənistanla münasibət qursun, birinci Azərbaycandan icazə alır. Sizin icazəniz var mı buna? O şəriət məsələsində o da gətirir, o neftin, qazın, o birisi pulun deyil, verir vətəndaşına, deyir, sənin yeməyə də var, içməyə də, maşın minməyə də, elədiyin hər işə şəriətdə də bir sıra imkanlar yaratmışam. İndi o çatışmamazlıqları da görürsünüz, yəni islahat aparır. O başqa məsələ. Amma bir də var ki, məsələn, terrora aludə olunmuş bir siyasi rejim düşünün. Bilirsiniz, yəni, dünyanı hər gün hədələyən, yəni bu rejimlə gedib hansı mənafi deyəcəksən ki, mən plan mənafi. Bilirsiniz, bir sıra, mən bilirəm siz nə deyirsiniz. Amma mən o sizin dediklərinin bir sırası o dibindən qarşıyam deyə, ona görə də biraz fərqli cavab verməyə çalışıram. Çünki sizin o yanaşmanız, yəni mən düşünürəm ki, o bir sırası çox təhlükəlidir. Ümid edirəm ki, düzələcək. Mən də elə ona görə soruşuram ki, bunlar açılsın üstü. Yəni, sonunda bu sualların hədəfi budur ki, o üstü örtülü olan
bazara çıxsın, açılsın, Elədir. insanlarımız bilsinlər ki, məsələn biz nə istəyirik? Yəni bizim milli hərəkətdə bu parti, o parti, o parti, bu parti nə Bəli. istəyirlər? Yəni bunu istəyirik, onun üstü açılsın və bu Yəni gözəl olar məsələn, əlbəttə ki. üzr istəyirəm. Məsələn, deyək ki, bir dövlət narkotikdən bəslənir. Narkotik ticarətindən, insan ticarətindən, nə bilim, terrordan bəslənir. Pulu da. Məsələn, biz milli azadlıq hərəkatı yürüdürük. Sonra gedib o dövlətdən bizə pul alırıq. Yox, məsələn siz bunu Birisi- desəz, bu mən sizə deyim də, bir İran var, beləsi soruşum. Bir İran var, siz onu işğalçı bildiniz, əgər səhv eləmirsəm, Bəli. dediniz ki, işğalçıdır, qəbul eləmir, Bəli. belədir. Bəli. Tamam. İndi məsələn bir dənə daha şey var. Amerika var. Bir dənə İsrail var. Bir dənə İngilizistan var. Bir dənə Fransa var. Bir dənə Rusiya var. Bir dənə Ermənistan var. Yəni bizim yanımızda Pakistan var. Nə bilim Türkiyə var. Bunları məsələn baxanda nə cür bölürsüz ya bunlarla nə cür? Elə ona görə sualım bu dünya üzərində olan dövlətlərlə necə bunlara necə baxırsınız? Təbii ki, o sizin dediyiniz o milli mənafe, milli maraqlar, milli çıxarlar. Ona gərək doğru düzgün tərif verəsin. Amma bir sıra o mübarizə apardığın prinsipləri əzib keçmədən. Yəni sənin qırmızı xətlərin də olmalıdır. Da? O qırmızı xətləri qorumaqla bir sıra məsələlərdə təbii ki, o baxışı tənzimləyib o fəaliyyəti apara bilərsən. Amma misal üçün Rusiya Ukrayna hücum edibdi, Ukrayna ərazisini işğal edibdi. Tamam, İranın onunla münasibəti ola bilər, düzdürmü? Bir sıra ölkələrin onunla münasibəti var, ticari, iqtisad. Amma bir də var o Ukrayna vətəndaşının öldürülməsində həm də şərik olasan. Ona silah verəsən, ona dron verəsən, ona yol göstərəsən, ona qoşun göndərəsən. Məsələn, burada sual soruşdum. Elə burada siz özünüz gətirdiniz, sual gətirdi ortaya da. İndi Ukrayna Rusiya savaşır. Bəlkə bizim də imkanımız olar. Bəlkə bir partiyam mən fərz elə. Görürəm ki, oradan Rusiyada bir imkan var. Mən ala bilərəm o imkanı. İranın əleyhinə savaşda istifadə edə bilərəm. Burada nə edəcəksiniz? Yəni əgər orada məsələn deyək ki, mən olsam buna qərar versəm, məsələn orada Ukrayna xalqının, insanların, sivil insanların ölümünə səbəb olacaq deyək ki, bir razılaşmağı mən qəbul eləmərəm. Yox, lazım. Onların ölümünə səbəb olmur. Sən güclənirsən İrana qarşı. Məsələn, silah alırsan, pul alırsan, radio alırsan. Qarşılığında nə verirsən? Yəni heç kimi o deyir. Yəni məsələn sən gedib ordun yoxdur ki, ordu verəsən. Qaydətən məsələn gəlirsən radio televizyondur. Məsələn o radio televizyon verirsən, gəlirsən oradan danışırsan. Rusiya radio televizyon verir. Məsələn də misal vurduq, demədik ki, verir. Yəni mənə elə gəlir ki, yenə deyirəm ki, o sənin baxır prinsiplərin nədir? Yəni milli azadlıq hərəkatı aparırsansa, gedib bir diktatorun, bir işğalçının yanında oturub ondan dəstək alasan və deyəsən ki, mən azadlıq mücadiləsi aparırım. Çox gözəl, çox gözəl. Dövlətlər də ola biləcək, o indi yox, ola biləcək ilginizi necə tərif edirsiniz? Hər eləməz, hangi dövlət olur, olsun İrandan sonra, İranla təbii ki, savaşdasınız. Mən yenə deyirəm ki, mən düşünürəm, belə deyək də, yəni bizim prinsipial baxışımız o demokratik usul, demokratik dəyərlər, beynəlxalq hüquq, o insan hüquqları özəlliklə əsas məsələlərdir və yəni indiki ilkin baxışımız bu prinsipləri gərəkdirən prinsiplər olaraq görməliyik və onun üzərindən məsələlərə baxırıq. Və təbii ki, sən dövlət olandan sonra bir çox məsələlərdə ayrı-ayrı dövlət, siz bilirsiniz də, məsələn, bu hərbi, siyasi və yaxud o doktrinlər yazılanda, məsələn, hər ölkə özünə bir hərbi, siyasi təhlükəsizlik doktrinası yazır. Orada müəyyənləşdirir rəqib dövlətini, düşmən dövlətini, təhdid eləyəcək dövlətlər, hansı dövlətlər gələcəkdə ola bilər.
təhdidlər nədir, rəqabət nəyin üstündədir, düşmənçilik nədir, Onları çözümləri də var soruşacağım. və Onları digər dana məsələlər. soruşacağım. Yəni deməyim odur ki, heç nə ağ-qara bu cür getmədiyi üçün, yəni çox yəni çox amillər var. O amillərə əsasən hesablayıb və hər bir dövlətə, hər bir ölkəyə ona uyğun münasibət qurmaq lazım. Gözəl. Acaba sizin təşkilat bir dövlətə bağlıdırmı? Yox, Hər hansı dövlət ola bilər. yox, Dünya üzərində bir dövlət. yox. Təşkilatların hansı bir xarici dövlətə bağlı olmasına necə baxırsınız? Bağlı baxır, hansı bağlı? Bağlı məsələn deyəndə əgər ondan asılı, onun dediyi ilə oturub durma məsələsi, bir də var ki, məsələn, siz bəzi dövlətlərin içində bir sıra imkanlar var. O imkanlardan faydalanırsınız, təşkilatlanırsınız, azad fəaliyyət göstərirsiniz. Amma o dövlət sənə əmr nəhy eləmir. Sənin o işlərinə qarışmır. Yəni o müstəqilliyi qorumaq şərti ilə təbii ki, müəyyən yardımlar da istənilə bilər. İstiqlal bəhsində bunu soruşacağım xidmətinizdən. Bəli. Amma burada da elə bir soruşum. Win-win deyərlər də. Yəni bir şey verəcəksən, bir şey alacaqsan dövlətlərlə. Olmaz ki, sən o sənə versin, sən deyəsən ki, tamam, mən burada oturacağam elə, sən mənə hər şey verəcəksən. Səndən bir şeylər istəyəcək təbiətən. İndi bu win-windir də bunun adı. Yəni dünyanın tamam məmləkətləri bu cürdür. Ya pul verəcəksən, alacaqsan, ya da ki, sənə deyəcək ki, məsələn, səlam əleykum, sən də deyəcəksən əleykum səlam. Yəni bundan sonra ayrı bir şey yoxdur ki, yəni ayrı bir çarə yoxdur. Dünyada belə al verməyəndə hər şey. Bunu soruşurdum ki, yəni belə bir al ver, yəni nəinki məsələn, əlbəttə məsələn deyirəm, İran-Ərəb savaşında mücahidin getdi, buna görə ki, İran dövlətini yıxsın, məncə haqlı olaraq, yəni düz mən müzahidini qəbul eləmirəm, amma bir dövləti sən yıxmaq üçün o birisi dövlətə deyirsən ki, mən gəlirəm savaşa, mənə silah ver. O da gətirdi, Əraq da məsələn buna silah verdi, ordu verdi, imkanat verdi, gəldi, haracanda gəldi müzahidlər məsələn. Məsələn, bunu necə görürsünüz? Yəni bağlılıq, bu bağlılıq, bunu o bağlılıq bir rejimi içində sizdən yıxasan orada. Hətta məsələn, deyək ki, məsələn, Türkiyə, Azərbaycan, Türk dövlətləri, sabahlar dedilər ki, biz gəsənə silah verək ki, İranı yıx. Bilirsiniz necədir? Məsələn, bu Rəcəviçilərin o şeyi bilirsiniz ki, ümumiyyətlə onların parçalanmasına, dağılmasına, məhvinə səbəb oldu. Və çünki onlar özlərinin, yəni vətəndaş bildikləri, özlərindən bildiklərinə qarşı, onların o məsələn, nə Onlar qədər dövləti yıkmaq istirdilər. Onlar bir dövləti yıxıb, öz dövlətlərini qurmaq istirdilər. Çox da gəldilər qabağa. O qədər gəldilər qabağa ki, İran dövləti məcbur qaldı onların zindanda olan adamların da edam eləsin. Yəni bu qədər təhlükəyə düşdü rejim. Bilirəm. Yəni deməyim odur ki, mən şəxsən düşünürəm ki, elə bir yanaşma ümumiyyətlə kökündən doğru deyil və nəinki onu yıxa da bilmədilər. Onlar həm də... Yox, o mücahidləri istəmirəm danışmaq. Onun misal burada. Hər buyurun dedim ki, sizin təşkilat sabahları bir dövlət qalxdı. Hangi dövlət? Hər hansı dövlət. Türk olsun, Ərəb olsun, İngilis olsun, Rus olsun, hər şey bunlar olsun. Sabahları dedi, mənim mənafeyim buradadır ki, İran dövləti yıxılır. Gəlin, mən sizə bu imkanları verim, gedin İran dövlətini yıxın. Mənafey budur. Ona mənafey budur ki, İran dövləti yıxılar. Sizə də mənafey budur ki, İran dövlətini yıxarsınız. Dövlətinizi qurasınız. Siz bu cür bir vəziyyətdə onu məsələn bağlı mı bilirsiniz? Yəni necə bilirsiniz? Buna necə baxırsınız? Əslən bu sualım bilirdim. Bu vəziyyətə necə baxırsınız? Vəziyyət budur ki, o şey ki bizim millətin iradəsi ilə hesablaşmırsa və ona əmrinə kimindirsə, mən hesab edirəm ki, bizim məsələn deyək ki, milli siyasi mübarizəmizdə sivil mübarizədən danışırıq və bir millətdən danışırıq. Belə olan halda o millətin gərək mənafeyləri birinci ola. O birinci olanda heç vaxt biz başqasının diktəsi ilə oturub durmamalıyıq və onu da o məntiqlə qurmamalıyıq ki, ortaq mənafeyimiz var. Çox şeylərdə
Bak bu dəqiqə məsələn bizim Bir başka misal verin. bizim Bir məsələn başka. üzr Mesela bir istəyirəm. de buyurun. Bizim deyək ki, bu qondarma seçki məsələsində xaricdə olan sərasəri İrançı müxaliflərlə deyək ki, siyasi mövqeyimiz üst-üstə düşə bilər. Amma aya biz eyni mövqeydəyik? Yox. Biz milli azadlıq hərəkatı aparırıq. Onlar bu diktatoru o diktatora dəyişmək istəyirlər. Yəni fərq bundadır. Yok, indi mesela bir ayrı misal verin. Mesela devletlerin çok imkanları var. Radyo, mesela Türkler diyorum, özür dilerim, çok Farsların bir 30-40 beynəlmiləl səviyyədə radio, televizyonlar var ki, milyardolar dolar ildə bunlara xərc olur. Acaba mesela böyle bir şeylə necə görərsiniz? Mesela radio, televizyon verirlər Türklərə, Azərbaycanlılar. Versinlər o, amma yenə deyirəm, bizim milli iradəmizə təsir etməmək şərtilə. Bizim iradəmizə, bizim tələblərimizə, çünki bizim istəklərimiz, məsələn biz də istəyirik bu rejim olmasın. Düzdürmü? Cumhur İslamı olmasın. Amma Cumhur İslamı olmasın deyə gedək o birisinin deyir yanında ki sabahlarda o da bizim başımızı kəsəcək. Yəni biz gərək müstəqil hərəkət edək, amma təbii ki o prosesdə bizim o yardım alma məsələləri, digər məsələ bizim müstəqilliyimizi əlimizdən almamalıdır. Belə olursa biz milləti təmsil eləyə bilmərik. Yəni o təmsilçilik sorunla qarşılaşar. Çünki orada o qədər oyun oynayanlar ki 2 il içində, 3 il içində görərsən ortada heç nə yoxdur. Təşkilatlar, o sualı sizin təşkilatdan soruşdum ki, sizin təşkilat nə cür yanaşır. İndi biraz da ayrı cür soruşum. Təşkilatların, yəni ayrı sizdən əlavə təşkilatlar var, onların hər türlü fəaliyyət edən bireylər, hüquqi bəşər filan, bunların xarici ölkələrdən mali yardım almalarına necə baxırsınız? Xarici ölkələrdən baxır, məsələn, hansı deyək ki, sivil toplum quruluşları var, bir sıra onlara sən yardım ala bilirsən, o ölkənin, ona görə də biz nizamnamədə yazmışıq ki, fəaliyyət göstərir, ya qeydiyyatda alınmış ölkənin qanunlarına uyğun. Yəni o ölkənin qanunlarına uymursa, o fəaliyyətlər yürüdülmür. Yəni qanuna uyğun olmalıdır. O qanuna uyğundur, amma onlar, məsələn deyirəm, Kanadanın qanununa uyğundur. Siz necə baxırsınız ki, mən məsələn hüquqi bəşərçiyəm, mən ruznamə çıxadıram, mən nə bilim bir iş görürəm da, məsələn demokrasini yayıram Azərbaycanda, məsələn. Necə görürsünüz ki, mən ya bir təşkilat gedə, məsələn Kanada dövlətindən, ya Kanada xarici ölkədən, yəni dövlət və qurumlar. Bunlardan pul almanı necə görürsünüz? Məncə heç bir sorun deyil. Yenə deyirəm, sizin o hədəflərinizə, sizin qurduğunuz plana, proqrama xarici təsir yoxdursa, o yönləndirilmirsə, onunla kimlərinsə maraqları təmin olunmursa və sizin o müstəqil fəaliyyətinizin o güclənməsinə xidmət edirsə, nədən olmasın? Amma Sadıq bəy, ya bir dövlət, ya bir qurum dəlidir ki, maraqları təmin olmasa, o birisinə köməklik edilsin. Dəli bir şey. Niyə? Dəli deyil. Baxın, məsələn, sivil toplum quruluşları dediyimiz bu vətəndaş cəmiyyətinin formalaşdırılması sürəcində dövlətlər iş görür. Bayaqları ideolojidən danışırsınız, o işdir də, yəni ona pul xərcləməlisən, kadr yetişdirməlisən, sahələri, o deyildi, gör dövlət olanda neçə milyon dənə sahə girir o işə. Dövlət özü hamısını eləyə bilməz axı. Onun müxtəlif qurumlar. Siz də məsələn deyək ki, istəyirsiniz demokrasini yayasınız. Düzdürmü? Ona uyğun o dövlətin deyək ki, yardım proqramı var. Məsələn deyək ki, Azərbaycanda, bizim Quzey Azərbaycanda məsələn dövlət özü qeyri-hökumət təşkilatlarının projelerini dəstəkləyir. Deyir ki, proje ver, biz projeye baxacağıq. Görək o proje nədir? Məsələn, deyək ki, proje, misal elə belə atıram da, əkinçilik sahəsində, məsələn, çuğundur əkmək məsələn. O sahədə
necə təlimatlandıraq, necə o suvarma olur, necə nə bilim o əkinçinin yetişdirilməsi, ümumiyyətlə kafası necə işləməlidir bunun? Misal üçün deyirəm. Baxır dövlət ya ki, Məsələn, mən də elə qoyum bir misal, mən Amerikada Bəli. məsələn cəmiyyətlər var, demokrasi haqqında işləyirlər. Hı. Çox da məşhurdular, dünyada çox məşhurdur, ad gətirməyim. Bunlar məsələn demokrasi haqqında işləyən qruplara köməklik edir. Amma deyir ki, demokrasi haqqında bilmirəm, ha mən özümdən burasını Bəli. deyirəm. Ha, burasını deyim. Mən bilmirəm, onun içində beləcə yox. Məsələn, deyir ki, demokrasini biz tərif eləmişik, bu da bizim kitabımızdır. Bu demokrasidir. Bunun haqqı, bunu götürün, orada dərs deyin. Öyrədin millətə, demokrasini öyrədin. Demokrasini bunu verirsiniz, deyir demokrasini gedin öyrədin. Siz də gəlirsiniz bununla bu tərif elədiyi demokrasini öyrədirsiniz. Yox da Yəni bunun mənafini təmin edirsiniz. onda o başqa şey olur. Yəni yenə də deyirəm, onda o kilsə quruluşu kimi əlimə bir dənə kitabı verir, göndərir Afrikaya. Onların qızılını, mədənini, varını, yoxunu əlindən alır. Birinci deyir o kitabı verir, sonra biraz çörək verir. Sonra bir müddətdən sonra görürlər əllərində elə o kitab qaldı. Daha heç nədən xəbər yoxdur. Yəni o quru demokrasi bizə, heç kimin demokrasisi bizə o anlamda la. Biz o demokrasidən danışırıq ki, bizim özgürlüyümüzü, istiqlalımızı, müstəqil düşüncəmizi, apardığımız o milli siyasi mübarizənin müstəqilliyinin də təmin olması. O da bizlər onu eləməliyik. Yəni təbii onun verdiyi, amma onun maraqlarına xidmət edir. Elə İran adlanan ölkənin başına gələn bu oyunların tarixçəsini siz məndən yaxşı bilirsiniz. Elə bunlar olub da. Ona görə də hələ də ayaq üstə dura bilmir. Hələ də deyir, gəlin beyyət eləyin, gəlin filan eləyin. Çünki başqaları yaşıl işıq verəndə o deyir ki, hə, bu işi görə bilər. Siz bilirsiniz, başqalar deyirlər. Hansı ölkələr bu işdə dəxildir? Hansı ölkələr onların maraqları və onlar hansı maraqlar üçün projelər həyata keçirirlər? Maalesef İran adlanan ölkənin mahiyyətini, bu rejimin, ya Pəhləvi rejiminin mahiyyətini hələ nə bizim toplum, nə Fars toplumu, nə Ərəb toplumu, nə bilməmişik, qoymurlar bilək. Adicə deyək ki, tarixdən 5 dənə şəkil çıxır ortaya, 5 dənə şəkil. Onu belə, baxın, Nasirəddin Şah, ya Nəsrəddin Şah dövrünə, Qacar dövrünə çıxan 5-3 dənə şəkil var idi. Onun, yəni baxırsan ki, niyə bunlar çıxmayırdı bu günə kimi? Çox uzun deyildi. Mesela 150 il, 200 il bundan qabaq təxmini yaşayır. Görün de ondan öncekiləri başına nə oyun gətiriblər və niyə, nələri Tamam. O mənada hesab edirəm ki, bizim milli mənafeyimiz, bizim apardığımız mübarizənin o fəlsəfəsinə çox üstünlük verməli və kimsənin o deyir buyruğu altında işləməməlidir. İdeolojik olaraq hangi dövlətin ideolojisinə ya hangi ideolojiyə yaxınsınız, ya hangi ideolojinin üzərində qurulmusunuz? Hansı ideolojiyə yaxınıq? Bəli. Biz yəni sosial liberal desəm daha modern bir yanaşma ilə biz həm bireysel həm də toplumsal bir yanaşmadan yanayıq və eyni halda ki insanlar fərd olaraq onların hər tərəfli güclənməsi, onların hər tərəfli o deyir rifahının təmin olunması, eyni halda da toplumun o deyir o prosesdə birgə hərəkəti və sosial bir liberal yanaşma bizim daha çox düşüncəmizdədir. Yəni hangi dövlətin siyasəti, hangi dövlətin ideolojisinə yaxın görürsünüz onda özünüzü? Yəni hər hansı bir dövlət deyə bilmərəm, amma yəni bilirsiniz, mən düşünürəm ki, mesela bu Skandinaviya ölkələri daha çox bu sosial liberal yanaşmadan yanadılar. Yəni həm liberal dəyərləri, həm də sosial dəyərləri birlikdə o deyir, artıq rəsmiyyətə tanıyıb və uyğulayırlar. Bəziləri bunu təzad görür. Əslində bu təzad deyil. Bu
eğer gerçek demokrasiden danışırıqsa, yani toplumu bəziləri üzr istəyirəm, sürü kimi görür. Deyir, sürü kimi idarə olunmalıdır. Ona göre de onun bakışı odur ki, görürsüz el çəkmir. Deyirsən, bəs liberal akım. Yok. Toplum önemlidir. Niye önemlidir? Çünkü onun beynine bir tane fikir atacaksa, o cür onu yönelteceksin. Hamını bir tarafa. Ona göre olar. Ama burada liberal değerler, yani ferdin o hukuk ve azadlıklarının ferd olarak ve toplum olarak o hukuk ve toplumsal hukuklarının resmiyete tanınması, ona uygun bir deyək ki, sistem, vətəndaş, deyək ki, formalaşması hesab edirəm ki, çox önəmlidir. Gözəl. İndi ideoloji olarak soruşmuştum. Hukuk ve kanun olarak hangi devlete yakın görürsünüz? Ya hatta ülgü seçirsiniz özünüzə. Bir dövləti hukuk olarak özünüzə ülgü seçirsiniz. Şimdi biz belə bir dövlətin qanunları bizə lazımdır ya. Yani o her hansı bir devletin kanunları deyəndə o cür değil de biz o ortak deyək ki, devletlerin belə desək, millətlərin ya devletlerin ortak qəbul elədiyi prinsiplər düşünürəm. Mesela o insan hüquq və azadlıqları haqqında, insan haqları ilə bağlı bəyannamə, insan o konvansiyonlar və bu dəyərlər üzərində bütün dövlətlərin o belə deyək, bütün deyəndə hər halda onun içində demokratik, qeyri-demokratik də olur. Amma ən azı bunu rəsmiyyətə tanıyıb, öz qanunlarında uygulayan, öz parlamentində onu təsdiq edən və real həyatda uygulayan, deyək ki, o dəyərləri, yəni bütün dünyanın ortak dəyərləri olaraq, yəni çünki onda əlin açıq olur. Sənin gələcəkdə o topluma sadəcə bir dövlətin, bir quruluşun fikrini vermirsən ki, sənin bir seçimin var. Sənin ortak qoyursan və o millət özü seçir. Millətə seçim haqqı vermək bu anlamda məncə önəmlidir. Mən sualı bu dəlillə soruşuram, bu 2-3 dənə sualı. Buna görə ki, məsələn, Güney Azərbaycanın ideolojik şəraiti, tarixi şəraiti, hukuki şəraiti, yaşadığı ənənələr, tarix, durum, iqtisad, ekonomi, elm, hər nə, media filan, təbii ki, məsələn, İskandinaviya ilə əslən qabil müqayisə edir. Burada məsələn, orada olan o hukuk mümkündür ki, burada əslən işləmir. Məsələn, və onu görürük, hər dövlətin hukuku, o konvansiyonları, o hukuk bəşər filanca ki, buyurdursa, onları hər dövlət öz sisteminə görə işə ala bilir. Hətta zorunluluq da bilirsiniz, yoxdur da. Çünki deyir, bu dövlətin, millətin bir ağlının, düşüncəsinin, təcrübəsinin, savadının, teknolojisinin, ekonomisinin, gəlirinin belə səviyyəsi fərqli olduğu üçün o demokrasi, məsələn, ya o hukuk orada nə qədər işlər, nə qədər işləməz, o sistem özü salır, çıxır. Siz məsələn burada təbii ki, məsələn, ortaq deyəndə əcəba Güney Azərbaycanda icra eləmək olar bunları məsələn. İndi elə qurduq, hər dövləti Xameneyi öldü, məmləkət qarışdı, millət töküldü. Bura Güney Azərbaycan Türk Cumhuriyyəti dedi, qurduq. Siz o millət bilməlidir ki, hansı amaca xidmət edir. Yəni nə üçün savaşır? Yəni ona bir o yəni bir var sən bilərsən səni bu ildə olmasa 100 ildən sonra. Məsələn deyək ki, Finlandiya 1917-ci ildə müstəqil olubdu. Bunların 29 il bunlar yarım diktatorluqda yaşayırlar. 30 il. Yarım. Amma indi gəlin məsələn Finlandiyada, məsələn bəzi o dövlət idarələri var, siz gedirsiniz. Məsələn belə bir nəsə bir ağac qoyublar. Bu başında bir uşaq oturub 2 yaşında. O birisi başında bir deyək ki, yetkin, məsələn 45-50 yaşında bir kişi. Və bu elə eyni xəttədir. Düzdür. Yəni nə aşağıdır, nə yuxarı. Mən onunla məsələn o haqda sual verdim ki, bu nəyi təmsil edir? Dedi, bu bərabər hüquqluğu təmsil edir. Yəni burada hüquq bərabərliyi var. Bizim toplumumuz, bizim insanımız bilməlidir ki,
Bunun uğrunda mübarizə eləməyə dəyər. Təbii ki, o sizin dediyiniz fikirlə mən tam razıyam ki, bir gecədə gəlib məsələn biri İsveçə çevrilə bilməz, Norveçə çevrilə bilməz, Finlandiya, Amerikaya, Kanadaya çevrilə bilməz. O qədər iş var ki və zaman gedir. Amma bir var sən, məsələn deyək ki, bəzi dövlətlər var, deyir ki, bizim fəaliyyətimiz, bizim bu dövlət quruculuq işlərimiz, vətəndaş cəmiyyətini yetişdirilmə prosesimiz qərb yönlüdür. Yəni qərbin dəyərləri, insan haqları falan. Bu dəyərlər, istiqamət budur. İndi bir il çəkər, 5 il çəkər. Bəli. Anladım, anladım. Sizin təşkilat Türkiyə-Azərbaycan toplumun idarə etmək amacla bir hüquqi sistem tərif etmişmi? Biraz daha açıq deyim. Məsələn, hüquqi sistem. Yəni, acaba məsələn bir hüquq birlikdə qanun, acaba bir qanun sistemi düşünmüsünüz, yazmışsınız, hazırlamışsınız bir şey, sabaha müzakirəyə qoyasınız, deyəsiniz, məclis, mən bunu bir layihə olaraq gətirirəm, məsələn, biz bununla sabahdan idarə edək toplumu. Bizdə bir neçə il öncə rəhmətli Sayın Qulam Rza Təbri bəy Təbrizi profesor sağ olanda söhbətləşdik, danışdıq və qərar belə idi ki, yəni gələcəyə hazırlıqlı olmaq. Və çox sağ olsun ki, onun böyük dəstəyi nəticəsində biz Güney Azərbaycan Cumhuriyyətinin anayasa layihəsini hazırlamışıq. Bizdə vardır. Deməli, 11 bənd və 11 bənd deyəndə 11 fəsildən ibarət, 158 maddədən ibarət və hüquqşünasların yazdığı. Yəni, bu bir layihə olaraq bizdə vardı, amma bu dəqiqə biz hələ onu gündəmə gətirmirik. Yəni. Partinin, yəni təşkilatın, cibhənin qəbul elədiyi bir şey midir? Bəli. Yoxsa, məsələn, bireysel yazılıbdır, bireysel yox, yəni o başkanın şeyi ilə, yəni onayı ilə hazırlanmış. Hazırlanmışdır. Nə əcəb onu yaymırsınız ya, millətə vermirsiniz ki, millət görə belə bir şey var. Belə bir şey var deyəndə bayaqları biz onu danışdıq ki, o sürəcin yetişdirilməsi məsələsi. Yəni bir sıra proseslər vardı ki, o proseslər gəlib yerində oturmalıdır. Yəni elə belə bizdə bu da var, o da var məsələsi ilə iş düzəlmir. Bir də ki, bizim milli siyasi mücadiləmiz çox enişli yoxuşludur. Yəni yox, məsələn, mən ayrı baş şeylərlə danışırdım, dostlarla, ha belə partilərlə. Məsələn, deyirlər ki, Türkiyədə biri yazılıbdır. Yəni, zehninə o gəlirdi, alternativ yoxdur. Türkiyədə bilirsiniz, biz onu təbliğ eləməmişik. Kimsə yazıb da göndəribsə, ya hər halda onu təbliğ eləyirsə, onların öz işidir, amma biz təbliğ eləməmişik, yox. Yox, mən budur. Məsələn, mən özüm şəxsən çox maraqlıyam ki, görəm nə yazmısınız. Məsələn, niyə əldə dəyirsiz bunu biz bilaq məsələn? Niyə? Bir dənə parti zəhmət çəkibdi, bir şey yazıbdı, hazırlayıbdı, ciddidə bir şey olmalıdır. Nədən o, məsələn, millətin əlində deyil? Hər halda o idarə heyətinin qərarıdır, qərarla ona uyğun. Tamam. Tamam. İdarə sistemi olaraq, indi iki dənasını soruşduq, bir hüquq, bir şey soruşduq, üçüncüsü və sonu. İdarə eləmək, o dövləti idarə eləmək sistemi hangi dövlətin sisteminə yaxın görürsünüz? Yəni bizim yanaşmada yenə deyirəm, daha çox bu Avropada olan sistemlər daha çox uyğundur. Amerikadakı sistem bizim toplumun gələcəkdəki vəziyyəti, yəni düz deyək, bu günləri o belə deyək də Amerika sisteminə bəzi uyğunluqlar da görünə bilər, amma bizim toplumumuzun gələcəyi üçün yeni bir sistem ona gərəkir və o sistemdə o toplum, o fərdlər, o insanlar,
o insanların həyata və yaşama münasibəti ona uyğunlaşsa hesab edirəm ki, daha, yəni onun gələcəyi üçün o daha vacibdir. Çünki Avropa onun qonşusuna çevriləcək. İndi məsələn mən düşünürdüm ki, biz Türk dünyasına, Kuzey Azərbaycana, Türkiyəyə qoşulmağı üst-üstə sizin də buyurduğunuz bütün Azərbaycanı düşünürsünüz. İkinci aşamada heç olmasa. Təbii ki, mən düşünürdüm, məsələn, Azərbaycanın çox qanunlarına yaxınlaşarsınız. Hər şey olaraq bizə yaxındır. Din olaraq, dil olaraq, millət olaraq, tarix olaraq, ənənəl olaraq, düşüncə olaraq səviyyəsi hətta biraz bizdən aşağı, biraz yuxarı. Yəni, məsələn, mən bunu düşünə bilirəm, amma məsələn Azərbaycan bu dəqiqə hansı məsələlərə uyğunlayır? Dövlət olaraq. hansılar uyğundur? Avropanın kriterləri və onun hətta hesabatları ilə. Yəni Avropa insan haqları, Avropa nəvlinə, Avropa, yəni və yönü də deyir ki, mən Avropaya doğru gedən bir yöndə hərəkət edirəm və toplumsal, o ictimai, siyasi, iqtisadi resurslarını ona uyğun hazırlayır, səfərbər edir və toplumunu o formada qurmağa çalışır və islahatlarını da o formada aparır. Yəni təbii ki, biz deyəndə Avropa o dəqiqə hoppana bilmərik, onu götürüb elə copy-paste eləyəndə heç o uyğulanmır. Bilirsiniz də, yəni bu elə bir ki, məsələn, bir uşaq necə başlayır, yavaş-yavaş oturur, iməkləyir, sonra yeriyir. Yəni bir toplumu yenidən qurma, bu onun zehnində, bayaqları siz dediniz, bizim zehnimizdə bir işğal var, zehnimizdə çatışmayan bir çox şeylər var. Həyata baxışımız belə sorundur. Heyvanlara, insanlara, çevrəyə, yerə, göyə baxışımız sorunludur. Yəni bilirsiniz, yəni bunların hər birisini deyib söhbətini açsam iş qurtarmır ki. Doğru. Çox çətin məsələ. İndi hangi dövlətlərə ya millətlərə yaxın olmanı düşünürsünüz? Yaxınlaşmanı, birləşməni ya yaxınlaşmanı düşünürsünüz? Təbii ki, dövlətlər, yəni millətlər deyəndə bizim kültürümüzə uyğun olan, amma məsələn deyək ki, baxanda məsələn bəzi kültürləri biz elə bilirik ki, bizə çox da yaxın olmaya bilər, amma içinə girəndə görsən elə çox da yaxındır. Sadəcə o kültürlərdən xəbərimiz yoxdur deyə, ya onunla tanış olmamışıq deyə elə bilirik ki, mümkündür. Kültür olaraq öz doğma kültürümüzün o deyir içində olan toplumlarla, dövlətlərlə, təbii ki, qardaş dövlətlərlə birlikdə olmaq o bizim gücümüzə güc qatacaq. Hansılar məsələn? Məsələn, Türkiyədir, məsələn, Azərbaycan ki, özümüzdür, Türkmenistandır, deyək ki, Qazaxıstan kültürel olaraq mən o dövlətləri nəzərdə tuturam. Çünki məsələn, Türkiyənin siyasi, yəni Türkiyənin siyasi mühitindən bizim öyrənəcəyimiz çox şey var. Azərbaycanın siyasi mühitindən öyrənəcəyimiz çox şey var. Məsələn, Türkmenistanın siyasi mühitindən nə qədər öyrənə bilər və yaxud nə üçün öyrənə bilər, nə nəticə çıxara bilər, o biraz fərqlidir. Amma kültürel olaraq ümumiyyətlə o toplumu tanımaq, o toplumun həyat tərzi, fəlsəfəsi və bizə nə qədər ortaq şeyləri var, yoxdur məsələsini bilmək. Təbii ki, o birinci aşamadır. Ondan sonraki aşamada nə qədər çox millətlərlə, çox dövlətlərlə bir münasibətin olursa, özü ona yaxınlaşdırıb, onu özünə yaxınlaşdırırsa, o da sənin faydanı olur. Çünki sən düşmənləri və yaxud potensial təhdidlərin, potensial düşmənləri azaltmalısın. Hangi dövlətləri düşmən tanırsınız? Dövlətlər deməyək də, amma bizim ərazi bütövlüyümüzə, bizim millətimizin varlığına qarşı, bizim torpağımıza qarşı, bizim ümumiyyətlə necə deyirlər, varoluşumuza münasibətdə aqressiv münasibət göstərən, onun üçün totəyə eləyən, onun üçün siyasət aparan, onun üçün fitnə çıxardan, onun üçün
işğalçılıq o deyir siyasəti düşünür. Onun üçün məhv edici bir sıra o deyir siyasətlərdən istifadə edən dövlətə qarşı biz düşmənik və bu yəni başda İran adlanan ölkə Fars faşizmi gedir. Ondan sonra indi gəlin kim Azərbaycana qarşıdırsa o sırada gedir. Hangi Azərbaycana qarşı? Güney, Kuzey? Quzey də Güney. Neden Nəcəf Türkiye yok mesela? Türkiye'de elbette ki Türkiye'de ama biz o Kuzey Güney deyəndə də artıq biz özümüzü bir şeydə nəzərdə tutub danışırıq ama o Türkiye tabii ki o da yerində. Yani. Hangi dövlətləri ya millətləri rəqib görürsünüz Güney Azərbaycana? Millətləri rəqib. Düşündükcə beynimə elə bir yəni rəqib o bölgədə rəqib görmürəm yox. Bizə rəqib. Nəcəf rəqib görmürsünüz? Nə olubdur rəqib görmürsünüz? Məsələn deyək ki, siz Farsları götürürsünüzsə, Fars toplumu deyirəm ya onların məsələn bizim onlarla rəqabət, bizim ümumiyyətlə həyata baxışımızın fəlsəfəsi fərqlidir. Bizim ümumiyyətlə dünya görüşümüz Azərbaycanlılar olaraq fərqlidir. Onlarda fərq. Bizim məsələn deyək ki, anıya, atıya, ailəyə münasibətimiz onlardan fərqlidir. Bizim torpağa, nə bilim, inanca, məsələn, baxışımız fərqlidir. Amma Farslar onu çox rahat vəsiliyə çevirə bilirlər. Rəqabətdə bunlar önəm daşımır ki, rəqabətdir, siyasi rəqabət, iqtisadi rəqabət. Yəni, bilirsiniz, eyni kurallara əgər inanıb bir yarışdan danışırıqsa, yəni rəqabət əgər o mənada deyirsinizsə, onda o yəni rəqabət dünyada gedir də. Bunu biz məna edəcək ki, eləyək, eləməyək. Əlbəttə ideolojikdə məna eləməliyik ki, məsələn bizim rəqabətdən düşüncəmiz nədir? Bu ideolojik bir məsələdir. Yəni ayırmalıyıq nədir? Amma məsələn indi rəqabət deyəndə dünyada siyasi rəqabətdir, texnoloji rəqabətdir, elmi rəqabətdir, gəlir rəqabətidir, satış-alış rəqabətidir. Bunlar yəni hətta şey rəqabətidir, əmniyyət rəqabəti. Yəni hər sahədə rəqabət var. Yəni mən bir sahə yaşamın bir sahəsi yoxdur ki, orada rəqabət olmasın. Biz Kürt məsələn öz dövrəmizə baxanda ermənilər var, Kürtlər var, farslar var, Azərbaycan Cumhuriyyəti var, Türkiyə var. Hətta bunların rəqabətli yox, olacaq yox. Yəni təbii ki. Orası düzdür, amma bilirsiniz nə? O rəqabət deyəndə gərək onun deyək ki, imkanlarını siz ortaq görüb rəqabət deyirsinizsə, o gərək o olar ki, ona rəqabət deyəsən. Yəni biri əgər 100 metri istəyirsiniz bir məsafəni qaçarsınız. Bir 10 nəfər adam var. Əgər biri gelib o 90 metrlikdə durubsa, o 10 metr qaçacaqsa, da sizin qalan orada o rəqabətin anlamı o mənada mən hesab edirəm ki, demək olmur. Məsələn, Amerikanın deyək ki, 1000 metr qabaqdadır. Bizdə məsələn 1000 metrdə daldı yox, qabaq o yerdə sıfırda deyil, daldı yox. Tamam, burada rəqabət yenə eləyə bilmərik yəni. Yəni onun nə ilə rəqabət? Yəni o məsələ odur. Məsələn nədə biz onunla, məsələn gedək bu dəqiqə deyək ki, Elon Musk'ın ürətdiyi X şirkəti ki qurubdur, deyək ki uzaya göndərdiyi raketlər özü gedir. Bizdəki olanlarla, yəni qərar deyil ki, ondakı olanlar, amma o şey ki bizdə vardı. Məsələn deyirəm, məsələn. Mümkündür biz bir dənə paltarıqan maşını düzəldək, məsələn. Deyək ki, bunu ondan rəqabət edirik. Mümkündür ütü düzəldək, deyək bunu ondan rəqabət edirik. Mümkündür çip düzəldək, bir dənə çip. Deyək ki, biz bunu ondan, nə idi bu şeydə bir dənə şirkətə o günləri oxurdum, yazmışdı ki, bir dənə şirkətli çip düzəldir şeydə, bu Malezidə. Malezidə xeyr. Singapurda yaşa. Singapurda deyir ki, onun keçən ilki gəliri
600 neçə milyard Bəli. dolardır. 600 neçə milyard dolar. Tamam, məsələn, dünya ilə rəqabət edir əslində. Yəni fərqli tip düzəldir. Elədir. O çox doğru şeylərdir təbii ki, amma mən bilirsin nə nəzərdə tuturam. Yəni bizim insanların baxın da məsələn Təbriz bir zamanlar rifahda, iqtisadiyyatda hansı səviyyədə idi? İndi onu yerdən məsələn niyə xalça ilə bağlı? Xalçaçılıq. Gerçəkdən də dünyada rəqibi olmayacaq qədər güclüdür Təbriz məktəbi, xalça məktəbi. Məsələn, görün ona bazar yaradırlar bizim adımıza, şərait yaradırlar, yox. Yox, məsələn, cənabınız indi işarə elədi, zehnimə gəldi, Urmu gölü. Məsələn, Urmu gölü Vanla rəqabət edə bilər. Ermənistandakı göllə rəqabət edə bilər. Ərəblərlə rəqabət edə bilər. Yəni, orada bir İsraillə rəqabət edə bilər. Dünyada rəqabət edə bilər. Çünki bu dünyada fəqət 4-5 yerdə var, 10 yerdə var çox desaq. Bizdə var. Ən böyüyü bizdədir bunlar. Rəqabət yer, yəni indi dövlətlərlə, istədim onu deyəm, sualım budur. Hangi millətlər və dövlətləri rəqib tanırsınız özünüzə? Yəni Belə siyasi olarak orada Farslar var, Türklər var, Lordlar var, Çiləçilər var. Elə bunlar bizim hələ qonşumuzda indi feylən torpaq rəqabəti belə yap ən üstdədir. Axı bilirsiniz necədir? Mən başa düşürəm nə deyirsiniz. Amma məsələ budur ki, biz elə bir toplumuq, elə bir millətdir ki, bizim məsələn deyirik ya, İran adlanan ölkədə 1200 il bizim dövlətimiz olub. Amma ondan öncə də bizim dövlətlərimiz olub. İndi adı müxtəlif olub da indi formaları. Amma biz neçə min illik bir orada bir toplumuq, yəni mədəniyyət quran toplumdan danışırıq. Bu mədəniyyət qurmuş toplumu nədə rəqabət məsələn? Bilirsiniz necədir? Mən istəmirəm o birisiləri aşağılayım, amma başqalarının həyat tərzi ilə bizim həyat tərzimiz... Yox ki, məsələn, deyək ki, Türklər 100 ildir gəliblər bu torpaqlara. Belə deyil, amma deyək ki, 100 ildir gəliblər bu torpaqlara. İndi orada vardılar, biz onlarla rəqabət edirik. Ələn belə, hər sahədə Güney Azərbaycanda rəqabət var Türk arasında. Hətta Farslar bu rəqabəti əmdən yaradırlar Farslar ki, fayda götürsünlər. Bildim, amma o rəqabət əvəzində, məsələn, bilmirəm siz rəqabətin nə kimi düşünürsünüz, amma əgər bərabər bir şeyin əldə olunmasında bir yarış kimi düşünürsünüzsə, o başqadır. Amma məsələn deyək ki, Kürtlər də istəyir ki, öz haqları olsun, əraziləri olsun, özlərinə qərar versinlər. Peki siz necə tərif edirsiniz? Yoxsa bunu gətirdiniz ortaya. Sizin nəzərinizdə, partinin nəzərində, bilirəm, ehtimal verirəm, amma bilmirəm ki, parti əslən rəqabəti tərif edib ya yox. Amma sizin düşüncənizdə rəqabət yəni nə? Birinci, bərabər olmalıdır, ədalətli olmalıdır. Yəni, ədalət şərait, yəni ədalətli şərait. Yəni, əgər deyək ki, futbol oynayırsınızsa, rəqibsizdə, məsələn, istəyirsiniz rəqiblə oynayasınız. Onun ayağında qəşəng ayaqqabısı var, geyimi filanı. Sən də belə, məsələn, nə deyim, ya ayağı yalınsan, ya pencək şalvar o deyir, əynində heç o futbola uyğun olmayan, o çəmənə uyğun olmayan, o şəraitə uyğun olmayan bir şəraitdəsən. Təbii ki, o ən azı da 50 dənə qolu vuracaq gedəcəkdir. Yəni, bərabər ədalətli bir şəraitdə yarışdan danışır oraya. Amma həyat fəlsəfən başqadırsa, yanaşma... Məsələn, biz sivil toplumdan danışırıq, sivil mədəni mübarizədən danışırıq. Biri deyir, yox, silah mənim dədəmdir, silah mənim nəyimdir, silahı mən yerə qoymayacaq, silah mənim hər şeyimdir. Yəni, onlar da o cür baxır. Amma bu silah özü argument də budur. Silahı ara tuşladın vuracaq. O baxmır da sən kimsən. Bilirsiniz, görün nə qədər məntiqsiz, yəni gəlir Azərbaycanın, deyək ki, ərazilərinin... Məntiqsiz görürsünüz, yoxsa bizim oraya yetişmədiyimizi tocih edirik? Yox, tocih eləmirik. Yox. Zamanında biz də, deyək ki, düşmənə qarşı savaşmışıq.
dirənmişik. Səttarxan Təbrizi nə qədər dirəndi? Bir ildən çox oldu da, düzdürmü? Bir ilə yaxın oldu. Bir ilə yaxın. Amma o 10 ay. Səttarxan əmir verdimi? Gedin məsələn deyək ki, Tehranda, başqa yerlərdə filan işləri də görün. Yox. Mərdanə çıxdı meydana, savaşdı. O başqa bir də var, gələsən, girəsən Qərbi Azərbaycan hansı şəhərlərinə, ailələrin içində deyəsən ki, onun uşağının başını kəsib qoyasan, atasan həyətə, misal. Və onun adını mübarizə qoyasan. Yəni, indi beləsi deyim, siz Güney Azərbaycana bir rəqib düşünmürsünüz əslində, ya rəqib görmürsünüz, ya rəqib olmursunuz. Yox, rəqib, baxır, yenə deyirəm, məsələn, biz istəyirik dövlət quraq, dövlətçilik. Amma başqa millətin nə qədər dövlət qurma kapasitəsi var? Onun dövlətdən anlayışı, dövlətçilikdən anlayışı nədir? Ona getmək üçün tarixi bazası, digər bazaları var ya yox. Məsələ budur. Olmayanda təbii ki, bu da rəqabət o mənada olmur. Yəni bizim vəziyyətimiz fərqlənir. Tamam. Düşmən tanımladığınız dövlətlərə qarşı hangi stratejilər və siyasətləri götürəcəksiniz? Düşmənlə tanımladığımız, deməli burada baxır hansı şəraitdə olursan da. Məsələn, bu günləri biz Cumhur İslamlı rasist düşmən bilirik. Çünki bizim bütün hüquqlarımızı əlimizdən alır. Amma ondan mübarizə metodumuzu necə həyata keçirməli? O bizim toplumsal vəziyyətimizi birinci nəzərdə tuturuq. Millətimizin durumunu, şəraitimizi, bir çox məsələ, yəni öz amillərimizi nəzərdə tuturuq. Eyni halda ki, nəzərə alsaq ki, biz baskıya da məruz qalırıq, zindana da məruz qalırıq, sürgünlərə də məruz qalırıq. Amma bir sıra o şəraitimizi nəzərə alaraq məsələlərdən vaz keçə bilmirik. Çünki deyirik ki, hələ buna o şərait yetişmir. Dövlətlər də adətən bunu deyirlər. Məsələn, deyir ki, əgər məsələn filan dövlət mənə qarşı ərazi iddialarından geri çəkilsə, filan silahlardan istifadə eləməsə, filan şeyləri eləməsə, mən onunla bu sahələrdə əməkdaşlıq edirəm. Yox, eləsə, mən artıq bilsin ki, o mənə qarşı savaş elanıdır və mən onun cavabını verəcəm. Belə o fərqli yanaşma mövcuddur. Mən cavab ala bilmədim əslində. Yəni, baş tapmadım ki, düşmən tanımladığınız dövlətlərə qarşı hangi stratejiləri, siyasətləri götürəcəksiniz? Yəni, mən onu dedim, baxın, biz hansı vəziyyətdir? İrana qarşı hangisini götürürsünüz? Məsələn, İrana qarşı... Mən onu izah elədim ki, bu vəziyyətdə bizim, bu vəziyyətdə, bu şəraitdə biz sivil mədəni mübarizədən niyə danışırıq? Bizim şəraitimiz onu icad edir. Amma sabah nə olacaq? Şərait necə dəyişəcək? Olaylar necə dəyişəcək? Ona uyğundur. Təbii ki. Hangi dövlətləri və millətləri dost dövlət ya dost millət tanırsınız? Bizim milləti rəsmiyyətə tanıyan, bizim dilimizə, kültürümüzə, torpağımıza, vətənimizə hörmətlə yanaşan bütün dövlətlər, millətləri biz özümüzə yaxın bilə bilərik. Onlarla xoş münasibətimiz ola bilər və hesab edirəm ki, bu düşüncədə olmalıyıq. Hangi özəlliklərlə, xüsusiyyət vicəcdə, o farsıza deyirlər, bir dövləti düşmən, o birisin dost, o birisində rəqib tanırsınız. Bunları bir-birindən nə ayırır? Yəni, bu dost, düşmən, rəqib, bunları nə ayırır? Təbii ki, məsələn deyək ki, biz Türkiyə münasibətdə deyirik ki, iki dövlət olaraq Azərbaycanı nəzərdə tutacaq. Güney Azərbaycan deyil də, Kuzey mən nəzərdə tuturam. İki dövlət, bir millət. Məsələn, baxın görün o yanaşma. Biri
də var ki, o sənə deyək ki, Pakistan kimi deyirsən, məsələn, Azərbaycan onu deyir, qardaş dövlət. Deyək ki, İran adlanan ölkə ilə o siyasi münasibətlərində zaman-zaman Azərbaycan deyir ki, biz dost dövlətlərik. Bir ara dəyişir, məsələn, görəndə şərait yaxşıdır, yaxşı münasibətlər var. Biz deyir, qardaş və dost dövlətik. Yəni, o vəziyyətə uyğun olaraq, şəraitə uyğun olaraq o dostu, düşməni, qardaşı, filanı, yəni rəqibi və gələcəkdə düşmən kimi ola O biləcəyi. O şəraiti nə mənə, yəni o şəraiti nə mənə təyin edir? Milli Onu nə mənə təyin mənafelər, edir? Özəlliyi nədir o şəraitin? milli mənafelerin, sənin millət olaraq milli mənafeyin, dövlət mənafeyin, sənin necə deyirlər, bütün o birinci sənin millətin və onun sevdiyi, belə deyək də, ona canını qoyduğu nə varsa, onların hamısının şeyində. Yəni odur. Bir də ki, yəni onlar təhdid olunursa, o təhdidin deyir, ölçüsünə baxıb müəyyənləşdirirsən. Onlar o mənafi təmin olunursa, o mənafinin ölçüsünə baxıb müəyyənləşdirirsən. Ki, nə qədər bu yaxın uzaq. Əslində bu sonuncu sualı şey elədiniz, yəni əslində elə bunu dediniz, yəni cavabladınız. Tərifiniz düşməndən, dostdan və rəqibdən nədir? Məncə tərif oldu bu. Odur deyil mi? Oldu, bəli. Düşmən tanıdığınız millətlər və dövlətlərlə, təşkilatlarla bir yerə gəlmək imkanınız varmı? Biz birincisi, məsələn, təşkilat olaraq heç bir milləti özümüzə düşmən hesab etmirik. Yəni, Farsların necə? Yox, Farsların necə? Heç bir millətə düşmənçilik etmirik və heç bir milləti də millətimizə düşmən kimi tanımlamırıq. Bu millətləri hesab edirəm ki, bu şeydən biraz ayırmağımız lazımdır. Və bizim də o yanaşmamızda, siyasi şeylərimizdə heç vaxt millətimizə qarşı belə bir düşmənçilik düşüncəsini aşılamamışıq. Məsələn, ermənilərdən fərqli olaraq, farslardan fərqli olaraq, ya fars düşünürlərindən fərqli olaraq. Məsələn, onlar uşaq Ermənistanda, ya erməni ailəsində anadan olur, onun qulağına oxuyurlar. Məsələn, türk sənin düşmənindir, türk sənin düşmənindir. Balaca məktəbdə mahnı kimi onu oxuyurlar. O nifrət aşılanır səhərdən axşam. O yazıq, məsələn, böyüyəndə deyir, düşməndir də. Yəni, bir türk görəndə yəni, belə qəribə hərəkətlər də edirlər. Bilirsiniz, erməniliyini o dəqiqə bürüza verir. Ya qorxudan, ya nifrətdən. Amma bizdə, məsələn, elə bir şey yoxdur. Məsələn, bizim insanlarımız Tehrana da gedir, Bəluçistana da gedir, nə bilim, Yaxşıdır. Bu əlbəttə yaxşı sözü pis deyil. Bu bizim mənafeyimizi təmin edirmi? 100 ildir farslar türk ilə düşmənçilik edir, amma biz əslən bilmirik, onlar bizim dostumuzdur, düşmənimizdir, rəqibimizdir. Bu nəzərinizə necə baxmalıdır buna? Millətə baxış olaraq, amma o millətin adı altında bizim bütün varlığımızın əzilməsi, əlimizdən alınması cəhdlərinə yönəlik məsələləri bundan ayıranda, onda o da millətə, hər hansı bir millətə qarşı düşmənçilik deyil ki, o zehniyyətin, o düşüncənin sənin millətinə uyguladığı o siyasət, o kültürel, ictimai, iqtisadi nə olursa da, o siyasətdən söhbət gedəndə, millət orada ayılanda, artıq orada öz mənafeyini sən tərif eləyəndə, ona bir, yəni, necə ki biz ev tikirik, ona bir divar tikirlər də, o da ona tərif olunubdur, bu yara mənimdir. O evin divarından biri aşsa, biri nə bilim daş atsa, biri top atsa, topu belə düşür, məsələn, uşaqlar oynayır. O top düşəndə
O adam mesela indi baxır da o insanın xasiyyətinə. Biri var cırır topu. Gətirir atır küçüyə. Bir iki üç tane de onlara söyür. Bir de deyir oynamayın. Bir de ne bileyim tehdit. Biri de var gətirir topu verir müəddəbana. Deyir burada oynamayın, atmayın. Evdə məriz var, falan var, falan var. Yani ama oranı koruyor. O çerçevesini koruyor. Biz milletimize o cür öğretmeli ki nifrətlə yox, falanla yox. Belə necə deyirlər? Hamıya nifrət aşılaya onunla yox, amma özünkini də qorumalısan. Ona qarşı olan, dirənən, zorla o divarı aşana da cavabını verməlisən. Amma bu oturuşmalıdır. Yəni fərqləndirilməlidir ki, oturursun. Yoxsa elə durduğu yerdə olmur. Rəqiblərlə əməkdaşlığı necə düşünürsünüz? Rəqib əgər tanırsınız. Rəqib olursa və ortaq bir şeydə rəqabət olursa, məsələn deyirik ki, Fars faşizminin o qeyri-insani, bu ayrı-seçkili siyasetine karşı mübarize. Düzdürmü? Orada mesela deyək ki, biz Ərəblərlə, Bəluçlarla, Türkmenlərlə, özümüzünkilərlə, yani kim varsa fərqi yoxdur böyük kiçiliyinə. Orada hem rəqabət eləyə bilərik, hem de birlikte iş görə bilərik. Yani hem biz mesela rəqabət eləyə bilərik, onlardan daha çok güçlü təşkilatlarımız olsun. Biz öncülük eləyək o prosesə, hem de o necə deyərlər, əməkdaşlıq eləyə bilərik. Yani o artık işi necə quracağız sizdən asılı olur. Gözəl. Siz təşkilatda Güney Azərbaycanın siyasi təşkilatların istiqlalçı olsun, federalçı olsun, hər nə olur olsun da, yəni bunları ya haqqı təyin sərnişinçi olsun, qanuni əsasçı olsun, nə bunları düşmən görürsünüz, rəqib görürsünüz ya dost? Azərbaycan mərkəzli olursa heç bir sorun yoxdur. Ona görə də biz dedik ki, minimum haqlarımızdan maksimum haqlarımıza gedən sürəcdə bir-birinin imtidadında olmalıdır. Yəni şərait bugün tələb eləyirsə ki, içəridə bizim insanlarımız ancaq ana dili tələb eləsin. Biz o ana dili tələbinə dəstək verməliyik. Şərait tələb eləyirsə ki, Azərbaycan mərkəzli federal bir sistem qurulsun və o artıq qurulur və ondan o tərəfəsi keçmək, yəni o millətin o deyir iradəsinə qarşı çıxmaqdırsa, orada gərək onu dəstəkləyəsin. Şərait icab edirsə ki, sən istiqlal qurasan, başqa çarən qalmayın. Orada gərək ona dəstək verilər və o qurulmalı. Məsələn, deyək ki, 1915-ci ildən sonraki proseslərdə Kuzey Azərbaycanda və məsələn 1918-ci ildə artıq Məmməd Əmin Rəsulzadə və Müsavat Partiyası məcbur oldu istiqlal bəyannaməsi yazsın. Çünki görürdülər ki, hər şey gedir əldən. Hər şey gedir əldən. O istiqlal bəyannaməsini yazmasaydı, Osmanlı dövləti ona yardım eləyə bilməyəcəkdi. Onu yazdı, onlar o və işğalçını çıxartdılar digər və hər halda qısa sürsə də bir dövlət quruldu və bu günləri o dövlətin davamı gedir. Sağ olun. Bu bölümü də burada qutaraq, keçək əsasnamə bölümünə. Burada 13 dənə sualımız vardı. Yarım saatdan da az vaxtımız var. Bugünkü, yəni 4 saatda çünki bu kəsilir öz-özünə. Ona görə mən də 1 saat özüm burada siz gəlmədən mənbərdə idim sizin vaxtınızda. Bunu da deyim, mən illəti bu iki cənabınızı görməmişəm. Cənabınız öz adınızdan gəlməmişsiniz. Partinin, cipənin adı ilə mən sizə yazmışım ki, mən rəsmi olaraq gələcəyəm və siz də mənə yazdınız ki, çox sağ olun ki, buna diqqət göstərdiniz. Onu görmür, amma unutmuşam gedib. Yadınızdan çıxıb. Mən unutmuşam. Mən günahımı qəbul eləyən adamam. Mənfi nömrəni özünüzə verin. Çox sağ olun. Gözümüzdə. Amma keçirik əsasnamə və demokrasi. Sizin təşkilatın yazılı əsasnaməsi var mı? Bəli.
Təşkilatın əsasnaməsi ələni midir? Bəli. Sizin əsasnaməniz türklərin və Güney Azərbaycanlıların oxumasına açıqdırmı? Bəli. Sizin təşkilat indiki aşamada demokratik bir təşkilat mıdır? Deyə bilərəm ki, deməyim ən demokratik, amma demokratik təşkilat. Demokratik təşkilatdır. Yəni, istəyirsiniz deyəsiniz ki, ən demokratik təşkilatdır, sonra dediniz ki, deyim ki, demokratikdir. Da onu demədim. Tamam. Hər halda. Çünki bizdə Sizin qərar təşkilat vermə mekanizmi və bütün məsələlərə açıq olma mekanizmi digər təşkilatlardan hesab edirəm ki, fərqlidir və çox tolerant yanaşılır məsələlərə. nədir? Mən yəni bunu indi o birisi təşkilatların 4-5-ini danışmışam. İstəyirəm onları beynimdə bir salam çıxam. Siz nə cür məsələn yanaşırsınız? Bizdə yuxarıdan aşağı belə şey yoxdur. Qərar verilir, qərar yuxarıdan aşağı. Yəni aşağıdan qərar verilir yuxarıya, yuxarı onu uygulamaq üçün. Nəinki yuxarıdan o qərara nə deyirlər, o hökuməti kimin olmur. Hökuməti kimindir. O birisi təşkilatlarda da bu cürdür. Yəni mən İstiqlal Partisi də bu cürdür. O cürdür, amma hər halda mən hesab edirəm ki, mənim yəni o təcrübələrimə görə. Öz aşınıza türk demirsiniz də, öz qatığınıza bir türk deyil. Bu önəmlidir. Niyə? Siz ona görə deyil ki, məsələn, mənim aşımdır, o ya kimisə. Bu önəmlidir ona görə ki, biz o şəraiti, o mühiti yarada bilmişik ki, məsələn, deyək ki, müxtəlif fikirləri, müxalif fikirləri, hətta aqressiv, radikal fikirləri də öz cəmimizdə müzakirə eləyək, danışaq, o iradları bildirəndə birinə o deyir, həmən bir o hücum qoymayasan. Onu eşidəsən, dinləyəsən, onun çözümünü ondan öyrənəsən və o çözümü tapasan. Bu bilirsiniz, o demokrasinin məşqidir də, ona görə mən söhbətimin əvvəlində dedim ki, biz az həzinə ödəyərək çox şey öyrənməyə yönəlik fəaliyyət göstərməliyik. Bu elə öyrəndiyimiz şeylərdən biri də budur. Mənə elə gəlir, o münasibətlərin doğru qurulması, sonra onun təşkilati formada özünü göstərilməsi, onun demokratik o anlayışı orada oturması və s. Çox gözəl. Sizin təşkilat demokratik ölkə və dövlət qurmaya necə baxır? Çox yaxşı. Yəni nə cür? Yəni çox yaxşı. Yəni bizim əsas prinsiplərimizdən odur ki, ikinci maddəsində demək olar ki, səhv etməmişəmsə, Güney Azərbaycanda milli demokratik o dövlətin qurulması. Yəni dövlət mütləq demokratik olmalıdır. Demirəm, amma bir gecədə o olmur. Amma prinsip olaraq demokratik olmalı. İdeolojik o mənada ki, bax mən deyəcəm, bu belədir, sən də bunu götürəcəksən, bunu eləyəcəksən, hesab edirəm ki, ondan heç bir dövlət uzun müddət ayaq üstə qala bilmir. Məsələn, Sovetləri götürsən, deyir, axırı bəlli oldu. Gözəl. Sizin təşkilat demokrasini və demokratik sistemi necə tərif edir? İndi mənə iki dənə tərif verəcəksiniz. Biri demokrasi nədir? Biri də demokratik sistem nədir? Sizin təşkilatın baxışından. İskandinavi məmləkətlərin yox. Demokratik sistem, demokrasinin özünə baxışını birinci deyək də. Bəli. Demokratik baxış, bilirsiniz, biz bir sıra dəyərləri qəbul eləməliyik də. Yəni, elə demokrasi deyəndə orada bir sıra dəyərlər söhbət gedir. Orada gücün xalqa verilməsi məsələsi vardır. Xalqdan o gücün xalqı təmsil eləmək üçün o gücün alınması məsələsi vardır. Seçmək, seçilmək filan filan. Amma o demokrasinin o əsas mahiyyətindəki xalq var, kütlə var, millət var. Güc ona aid
olmalıdır. Və o rəsmiyyətə tanınmalı. Bu çox önəmlidir mənim fikrimcə. Məsələn, İran adlanan ölkədə hələ də insanlara rəiyyət kimi baxırlar. Yəni onu aşağılayır. Sanki məsələn necə deyirlər? Bu günləri məsələn Pəhləvi rejimini götürək, elə bu birisini demir. Pəhləvi rejiminin tərəfdarları deyirlər ki, 1357-ci ildə ya 1979-cu ildə gərək məsələn bu hadisə olmayaydı, Pəhləvi dağılmayaydı, bunu eləyənlər belədir. Bu inqilab, indi biz o mahiyyətinə baxmırıq, amma ümumiyyətlə nə baş veribsə qəbul eləmir və deyir ki, o bir şüarlarda var, nə bilim, Mozdur, Molla çəpi, nə bilim nə, belə bir özlərindən də bir şüar da icad edirlər. Amma heç demirlər ki, nə Rızaxan dövründə, nə onun oğlu dövründə bu xalqa, ya o kütləyə, o vətəndaşlara nə verdiniz ki, məsələn, deyək ki, ona nə haqq tanıdın? Elə yenə də ona rəiyyət dedim, mən deyirsən padişahına, mən sənə hər şeylə. Onun hər şey sənə aid sayılırdı. Baxın, deyir ki, məsələn, bir toplumun, bir ölkənin sahibi onun şahıdır. Şah onun sahibidir. Və belə şey olar mı? İndi o Kanada'nı misal çəkmir. Deyirsiniz ki, burada kraliça o deyil, 80% onundur. Yəni deməyim Niyə çəkməyim misalı? Vaqi'iyyət budur ki, o cürdür da, yəni torpaqların sahibi odur. İndi Cəlibdir ki, ora keçdən güllə ilə vura bilərlər. Haqları var, güllə ilə vuralar. yəni o indi sözümü o deyir, orada o sizin dediyinizdə çoxlu haqlı payınız var. Yəni amma bizim sərneviştimizə, bizim dilimizə, kültürümüzə baxın görün nə ediblər. Nə qədər bəxşnamələr çıxardıblar ki, Çox uzun oldu. Mən indi baş tapmadım. İndi qurtarır. Demokrasi yəni nədir? demokrasi dedim ki, gücü millətdə olduğunu rəsmiyyətə tanıyıb və o gücü təmsilçiliyini doğru qurmaq. Gözəl. Yəni parlament, deyək ki, qanunvericilik, icra edici orqan, məhkəmə orqanı müstəqil və onu təmsil edən, o güclərin ayrımı sistemində milləti təmsil edən, onun qüdrətini təmsil edən olmalıdır. Ona görə də baxın, məsələn, bəzi dövlətlərdə bu var, bu məsələn icra edici, qanunverici məhkəmə. Amma bunlar olurlar bir şəbəkə, mafiya, o kütləyə qarşı, millətə qarşı. Biraz o zaman yoxdur deyə, amma mən bunu bu anlamda düşünürəm ki, güc millətdə olmalıdır, o rəsmiyyətə tanınmalıdır. O iradə təmsil olanda onun o demokratik dəyərləri o millətin hüquq və haqlarını təmsil eləməlidir, iradəsini təmsil eləməlidir. Çox gözəl. Demokratik sistem nədir onda? Demokratik sistemdə bu çərçivədə, yəni bu bir məsələn deyək ki, toplum öz müqəddəratını təyin edir, müəyyənləşdirir, gücünü ortaya qoyur. O sistemi formalaşdırırsan da, deyək ki, bir nizam-ı siyasi, belə deyilmi? Yəni o formatda bir sistem. O nizam-ı siyasi, o siyasi sistemdə o demokratik dəyərlər, yəni meyarlar odur, o meyarlar üzərindən də bütün sistemi elə qurursan ki, o işləsin. Yəni o işləsin. Onun, deyək ki, əgər demokrasi... Nəmanəti nədir? Deyək ki, indi siz misal da vurdunuz, mən də bunu buradan misaldan çıxsam, bəzi dövlətlər var ki,
Hər üç qüvvəsi var. Bir-birindən də zahirən qanunda ayrıdır. Amma mafiya idarə edir. Bunun zəmanəti nədir ki, bu sistemə, yəni demokratik bir yazı var. Amma demokratik sistem deyil. Yani Bunun orada zəmanəti olmalıdır ki, o demokratik sistemdən çıxmaq imkanı olmasın. O nədir? o tabii ki anayasadır. Ondan sonraki yani onu temsil, o anayasa ki yazılır bakın mesela. Onun üzerinden ki o hırdalıklara gedirsen ha, məhkəmədə, qanunvericilikdə, o icra edici orqanda onlar uygulanmalıdır. Hərəsi özünə uyğun o şeyi hərəkətə keçirir də, deyək ki bir sistemi. Ona uyğun. Yəni o baxırsan ki məsələn deyək ki bu gelişmiş ülkelerde her şeye kanun var. Heç ne kanundan qıraqda deyil. Elə istəyirsən bir məsələ, deyir bax ki kanunda mesela falan bende budur. Seninle bağlı bir karar çıxarmaq istəyirlərsə, hökmən yazırlar ki falan məsələnin bu kanununa göre bu karar çıxarılıbdır. Eğer bu karara 15 gün içinde etirazın olsa 2 hafta içinde etirazı bildirebilirsən o karara göre. Ama gerek sen de əsaslandırasan ki, ben bu kararı rədd edirəm buna göre. Yani belə bir sistemin oturuşması tabii ki eyni halda ki zaman aparır. Ama eyni halda da mümkündür ve tecrübeleri en azı deyək ki Qərb dövlətlərində var. Mən bunu düşünürdüm. Düşünəndə nəzərimə gəlirdi ki, qanun olmaq, anayasa olmaqla o üç qüvvənin ayrı olması zəmanət eləmir. Biz İranda görürük, çox yerdə görürük. Yəni oranın iş keçməyək misallarını. Amma məsələn buna NGO-lar, partilər, ərz edeyim xidmətinizə, sivil nizarət quruluşları, bunlar olmasa məncə imkansız Yani bir sistem. eğer siz demokrasiden danışırsa, demokrasinin parametreleri de var. O parametrelerin içinde kanunun hakimiyeti, vatandaşın hukukları, söz azadlığı, seçme azadlığı, seçme hakkı, şeffaflık, insan haklarına hürmet ve o dediğim o güçlerin balanslı faaliyeti. Bunlar eğer o parametrenin içinde yoktursa da onun adı demokrasi olur. Ona göre O de sistem, ona göre dedim sistemlerdi. Çünkü bunlar olmasa o üç qüvvəyə olmur. Mesela siz radyo, televizyon ya medya olmasa siz əslən şeydən danışa bilməzsiniz ki. elbette Hatta yani ona göre sistemi istedim soruşam ki, yoksa doğru sistemin değilsiniz. O sistem gere bütün elementleriyle, bütün parametreleriyle. Biz demokrasi diyende o kolli değil diye umumi bir söz gibi ama onun içinde oluşan parametreler ne kadar gelişirse o ülkeler olur demokratik, daha demokratik. Yani her ülke özüne demokrasiden diyebilir. Mesela İran adlanan ülkede özüne demokratik der ki ben demokratik bir ülkeyim. Diyende niye? Der ki benim de parlamentim var, icra edici organım var, kanun verici mahkeme falan falan. Bende de seçkiler var falan. Ama dersen ki sende mesela bu var, söz azadlığı, mətbuat azadlığı, medya, o birisi, bu birisi, partiya kurmak, ne bileyim ne, bunlar da var mı? Şeffaflık var mı? Bir mesela o kadar oğurluğun üstünün açılmasına imkan var mı? Açılsa onun açık mahkemesinin geçirilmesi vesaire buna var. O sonra gelirsen görsen yok. göstərişlər, nümayişlər, göstərişlər, Bəli. rahibmalıqlar üstündə. Bəli, Yəni bəli. ona görə deyirəm, bu sistemi gərək biz biraz açıqlayaq ki, Doğru. sistem deyəndə demokratik sistem nədir ki, o zehnidə otursun. Tamam. Mütləq o yani demokrasinin parametreleridir ki bizim esas sorunumuzdur. Yani o parametrelerin zihinlerde oturuşması, onun uygulanmasına işlerin aparılması meselesi. Tamam. Sizcə demokrasi sistemi Güney Azərbaycana nə zaman gəlməlidir ya neçə aşamada gəlməlidir? Bence onun yani indiki şəraitte bir demokratik mübarize sistemimiz olmalıdır. Yani bu
dəqiqədə o demokrasi olmalıdır. Biz deyə bilmərik, hələ gözləyək, sonra gəlsin. Bu, ona görə də biz deyirik, milli siyasi mübarizəmizin demokratik olması. Bir də təbii ki, dövlət qurandan sonra orada o təməlin oturuşması və onun üzərindən bir demokratik dövlətin inşası, qurulması. O zaman aparır. Yəni bir gecədə olan proses deyil, təbii ki. İndi sizin bu fərmayişinizin əsasında sonuncu sualı deyim ki, Azərbaycan indi bir mübarizə dövrəsini keçirdi, dövlət qurmaq dövrəsinə keçir. Savaş dövrəsidir falan. Düşmənlər də savaş çağında istiqlal alıb, istiqlalı və əmniyyəti qoruma çabası çağında milli hakimiyyəti qurmaq zamanında və milli hakimiyyəti iç və dış düşmənlərə qarşı müdafiə etmək zamanında demokratik təşkilat olmalı mı? Yəni təşkilatdan danışıram, amma dövlətdən hələ yox. Sizin məsələn o dövrdə bu təşkilatlar ki var, siyasi təşkilat, bunlar o dövrdə, o mərhələlərdə ki saydım, onlarda, o aşamalarda demokratik təşkilat olmalı mı? Demokratik təşkilat olmalıdır, amma şəraitə uyğun. Sən, axı, bilirsiniz bəy, hansı şəraitdən danışırıq və biz o fərqi yoxdur ki, məsələn deyək ki, Amerikada demokratik dövlətdir, düzdürmü? Amma Amerikanın demokratik dövlət olması o anlamda deyir ki, ona hücum eləyəndə, yəni onun milli təhlükəsizlik məsələləri olanda, o necə deyərlər, desin ki, yox, bunun da məsələn bu terroristin də fəaliyyət haqqı var. Misal deyirəm ha. Yəni bir sıra məsələlər vardı ki, sən eyni halda ki, o prinsipləri saxlayırsan, eyni halda da o şəraitə uyğun. Eləyə bilməsən bunun hamısını deyir, büküb atasan da nə oldu? Elə hər şəraitdə o demokrasini əzib, büküb, zibil qabını atacaqsan da onu demək ki, söhbət ondan getmir. O mənada təbii ki, şəraitə uyğun davranışın, o şəraitin ondan çıxış yolu üçün olmalıdır, amma o dəyərlər qorunub saxlanılmalıdır və hesab edirəm ki, o önəmlidir hər bir millət üçün. Yəni məsələn o aşamada ki, istəyirsiniz dövlət qurasınız, təşkilat indi o şəraitdə nədir olmalıdır? Demokratik olmalıdır, yarı demokratik olmalıdır, yox əslən demokratik olmamalıdır ta o buhrandan, o savaşdan çıxsın sonra. Bilirsiniz bəy, məsələn deyək ki, siz demokratik bir dövlət kimi ola bilərsiniz, amma o deyək ki, məsələn, dövlətdən savaş danışmırıq. Bu sualda dövlətdən danışmırıq. Təşkilatdan danışırıq. Təşkilat yenə deyirəm, öz prinsiplərində demokratik olmalıdır. O olmalıdır. Yəni amma o şəraitdən çıxış yolu, o şəraitə uyğun olaraq, o da bizim ağlımızdan, şuurumuzdan, yanaşma tərzimizdən asılıdır. Biz eləyə bilmərik ki, əlimizdə olan dəyəri deyək ki, təzif eləyək və yaxud onu əzək, bükək, onu ayrı bir formaya salaq ki, şərait budur, gəlin məsələn bunu bu cür eləyək. Onda o deyir, onunla oynamaq kimi olur və hesab edirəm ki, milləti gələcəyə götürən dəyərlərlə oynamaq olmaz. Tamam. Siz bu zamanda, yəni o zaman ki orada savaş gedir ha, orada milli dövləti qurmaq ərəfəsində düşmən, xarici düşmən, iç düşmən falan. Siz bu zamanda demokratik dövlət və sistem qurmaya üzr istəyirəm, o zaman yox. İndi. Siz bu zamanda demokratik dövlət və sistem qurmaya necə baxırsınız? İndi əlan. İndiki şəraitdə. Yəni bu yanaşma, bu deyək ki, bu məramnamə ilə irəli gedib bir dövlət qurmaq. Elə demək istəyirsiniz. Mən istəyirəm siz doğru başa düşəm. İndi əlan burada oturmuşuq, danışırıq, siz partinin sözcüsü. Partidə yeriniz nə idi? Mən idarə heyətinin üzvü və qurucularındanam, amma idarə heyətinin üzvüyəm. Okey. Siz partinin idarə heyəti, parti deməyək, cəbhənin
idarə heyətinin üzvü olaraq və qurucu olaraq siz indi baxırsınız, deyirsiniz ki, biz nə cür bir dövlət istəyirik Güney Azərbaycan. Mənim arzuladığım dövlət bireylərə, yəni vətəndaşa, fərdlərə özgürlük tanıyan, onun hüquq və azadlıqlarını qoruyan, ona hörmət eləyən, onun azad düşüncəsinə, onun azad fəaliyyətinə hörmət eləyən bir dövlətin arzusundayım. Əgər o birey dəyərsizdirsə, əziləndirsə, hər qapaz altında əzilməyə məhkumdursa, hesab edirəm ki, o insanlığa, ümumiyyətlə, heç bir dəyəri yoxdur. O qurulacaq dövlətin də o mənada heç dövlət anlamı daşımır. O başqa bir anlam daşıyır. Yəni, hər ad vermək olar ona. Ona görə də demokrasidən və yaxud bir dövlətdən danışırsansa, gərək o dövlətin mayası vətəndaş ola, mayası insan ola və o insanda bütün haqlardan faydalanan. Yəni, bu idealınızdır, yoxsa elə realda bu günləri qurduq, beləsi başlayaq gedək? Mən həyat tərzində və o siyasi təşkilati fəaliyyətimdə ən çox bunun tərəfdarı olmuşam və bu prosesin, hər addımda bu prosesin həyata keçirilməsində belə deyək də vurğu yapmışam və yaxud istəyim o istiqamətdə olum. Onda belə soruşum. Sizcə demokrasi öncəlikli olmalıdır, yoxsa dövləti qurmaq? Milli dövlət qurmaq. Demokratik milli dövlət qurmaq. Bunu bir-birindən ayıra bilməz. Ayıra bilməz. Demokrasi tətil ola bilərmi? Hər şərait ola da, yəni. Biraz, məsələn, bəzi şeylərdə o təvafuqi olaraq razılaşdırılmış formada ola bilər. Onu azaldasan, çoxaldasan, şəraitinə uyğun olaraq. Məsələn, deyək ki, bir demokratik dövlətdə, məsələn, savaş gedir, savaş var. Orada, məsələn, siyasi partiyalar, siyasi təşkilatlar hamısı birləşir və qərar qəbul edir ki, savaş müddətində, məsələn, siyasi fəaliyyət və iqtidara qarşı, hazırki dövlətə qarşı fəaliyyətdə bulunmayacaqlar, ölkəyə qarşı mənfi imic formalaşdırmayacaqlar, tənqidləri azaldacaqlar, o vətəndaş birliyinin oluşmasına yardım eləyəcəklər və s. Yəni, bu şəkildə mümkündür ki, bəzi şeylər məhdudlaşır, amma bütövlük də onu aradan götürmək və yaxud belə bir şərait var, gəlin bunu kökündən qazaq, məncə doğru deyil. Əslində mənim ikinci bir ayrı sualıma cavab verdiniz. Geçirəm son sualıma. Bu sualına da qutaraq. 2 dəqiqə yarımımız, 2 dəqiqəcək budursu vaxtımız var. 3 dəqiqədən də az bəlkə. Sizə görə demokrasi sistemdir, dövlətdir, düşüncədir, yaşam tərzi midir, idarə yol yöntəmidir? Demokrasi düşüncədir, yaşam tərzidir, sistemdir, idarə etmə, hamısı bunun içində var. Hamısı. Çox gözəl. Çox gözəl. Təşəkkür edirəm. Burada qutaraq, çünki 1 dəqiqəcək vaxtımız qalır. Qalsın sabahları üyəlik bölümündən başlarıq, davam veririk, görürük nə olur. Sağ olun. Mən üzr istəyirəm sizi bu günləri unutmuşdum ki, partinin amblemi ilə gələcəksiniz, onun logosu ilə gələcəksiniz. Heydə baxırdım, görürdüm, amma təşxis vermirdim. Yəni, ona görə çox üzr istəyirəm. Sabahları vaxtında gəldik, düz 9-da Təbriz vaxtı ilə. Mən hətmən ölməsək, diri qalsaq, hətmən gələcəyəm xidmətinizə. Çox sağ olun, təşəkkür edirəm. Siz bu gün məndən milli ərdəmli unvanını aldınız, parti olaraq və fərdi olaraq. Çox sağ olun. Sabahları görüşmək üzrə. Mən təşəkkür edirəm. Sağ olun. Sağ olun, var olun. Hələlik.